Salam aleyküm, əziz və hörmətli dostlar, xoş gördük. Umarım keyfiniz sazdır, halınız yaxşıdır inşallah. Okey. Əziz dostlar, təşəkkür edirəm huzurunuzdan və əgər imkan olsa xahiş eləyəcəm ki, dostları dəvət eləyəsiniz, gələlər, danışıqlarımızda şirkət eləyək bərabər və bərabər düşüncə məsələlərimizi ortaya qoyaq, görək hara gedirik. Mən bu günləri çox çalışacağım ki, fikir otağı haqqında danışaq və bunu yazaq. Mən indi burada çalışıram ki, birinci təcrübəmdir. YouTube'da canlıya çalışırım. Ona görə bağışlayasınız 1-2 dəqiqə məni. Tamam, education. Umarım ki bu geçsin bura. O düşü geldi ki tamam, bu da yola saldıq elə bir. Tamam. Salam əziz və hörmətli dostlar. Bir də salam olsun. Xahiş edirəm, əgər mümkündür yayın və dostlarımızdan çoxu bilsin, gəlsin, şirkət eləyək bərabər. Mən özüm indi çalışıram ki, bir tədad dostları çağırım, dəvət eləyim, gəlsinlər. Bu bəhsi də müşarikət eləyək. Bilirsiniz, düşüncə və fikir bəhsiləri çox az adam şirkət elər. Bu dünyanın hər yerində belədir. Deməyin ki, bizim millətimizdir. Bizim millətimizdə təqsir yoxdur. Xüsusən bizim millətimizdə sümürgə olduğu üçün, işğal olduğu üçün, beyni, əqli işğal olduğu üçün dahi bu fikir bəhslərinə çox fikir vermirlər. Çünki məsələn deyir, bunun çox fikirləşsən dəli olarsan. Məsələn belə bir özlərinə də şey düzəldiblər. Nə deyirlər? Tarixi bir şey düzəldiblər. Çünki o fikir adamlar normalda fikirləşəndən sonra yol tapmağa çalışırlar və yol tapanda da bilirsiniz, bu mütəəssifanə şeyə düşürlər də, zəhmətə düşürlər insanlar əgər ayılsalar. Onun üçün də deyiblər ki, çox fikirləşməclə indi halı qənimət bilginə, nə bilim, zindagi həmin ləhzə است. Həmin ləhzə deyə insanlar ömür boyu yaşırlar və bir neçə nəsli bədbəxt olur. Bu bizə əslən də uyğun deyil. Biz hal üçün yaşamamalıyıq. Biz gələcək üçün yaşamalıyıq və xüsusən gələcək nəsillərimiz üçün yaşamalıyıq. Mütəəssifanə bizim millətlərimiz, o bölgədə olan millətlər, indi müsəlman millətlər də desək dahi bəlkə şey olar. Əlbəttə o birisi millətlər də var idi. Məsələn, Qurun-i Vustada dedikləri orta qaranlıq yüzilliklər. O dövrdə Avropada hər kəs, məsələn, xanımlar əgər riyazi başarılı idi, hesab başarılı idilər, onları cadugər deyə tutub öldürürdülər. Yəni bu qədər geri qalmışlıq var idi. Bizim də bölgədə kitab yazılıbdır. Ərəb dilində bir kitab var. Məcanin, Allah nə mənə? Kitabın da ərəbcəsi yadıma gəlmir. Amma dəlilərin düşüncələri. Dəlilər kimmişlər? Dostlar, diqqət buyurun. Burası çox mühümdür. İstəyirəm o tarixi işarə eləyəm ki, nə cür bir tarixdən geçmişik, gəlmişik, bir tarixdən bir ənənələr gətirmişik özümüzdən ki, düz deyil. Bu
Aleyküm salam əziz, hörmətli dostlar. Aleyküm salam. Bu tarixdə, əziz dostlar, bir zaman gəlibdir ki, hər kəs istirmiş bir şey ixtira eləsin, təyyarana müsəlmanlar çalışıblar ixtira eləsinlər. Onlara dəli deyirmişlər. Niyə? Çünki taza yol axtarana inanmırdılar, insanlar inanmır. Necə ki adam dəlidir, çıxır məsələn daşın başından qanat bağlır, özünə hoppulur, nə bilim, yəni o müxtəlif şəkillər. Cəlib budur, bunların əkslərini də çəkiblər, mühəndisliklərini də saxlayıblar ki, bunlar hangi mühasibələrlə istəyirdilər qollarına şey bağlayırlar, uçalar. Amma biz bunları toplumda dəli tanırdıq. Bizə dəli tanıtdırırdılar. Onun üçün dostlar, fikir və ixtira adamları camiədə, toplumda təhqir alırlar. Mən dünən bir işarə elədim. Bəzən sözü gətirir, yadımdan çıxır ki, nə deyirdim, indi yadıma düşür. Heç Peyğəmbərin ailəsi və familləri ona iman gətirməz. Niyə? Çünki deyirlər, bu həman filan kəsdir da, dünənləri əlimizdə yekətdik, indi yekəlib yumurtadan çıxıbdır, bizə xoruz olub məsələ. Belə bir fikrə düşürlər, qapılırlar insanlar və qəbul eləmirlər. Ərz edeyim ki, bizim də toplumda mütəəssifانə belə bir müşkül vardı da, yəni fikir sahiblərinin birdən görürsünüz ki, yaxın familləri, dostları, nə bilim, ailə üzvləri o qədər yaxın gəlmirlər onlara. Məsələn, diqqət buyursa, Səttarxanın ailəsindən heç birisi siyasi çıxmadı. Səttarxan öldü, getdi və onun uşaqlarının heç birisi siyasi olmadı. Həzrəti Məhəmmədin qızlarının heç birisi siyasi olmadı, oğlanları da ki, yox idi. Nəvələri də ki, siyasi oldular, onlar da bir ayrı yolla getdilər, siyasətə qatışdılar və siyasi oldular. İndi, qeydaq bugünkü bəhsimizə, mən bu günləri otağı fikir nədir? Fikir otağı nədir? Fikir otağını necə düzəltmək olar? Kimlər düzəldə bilər? Və nə cür bir varlığa fikir otağı deyilir. O cür ki, adından bəllidir, bir yerdir, adamlar orada toplaşırlar. İndi bu ola bilər internetdə, ələn biz məsələn toplaşaq bura, bu bir otaqdır. Burada fikir alveri eləyək, olur fikir otağı. Əgər biz 2 nəfər, bir nəfərdən izafə, 2 nəfər olaq, toplanaq bir yerdə və orada gələk deyək ki, məsələn, Güney Azərbaycanın ya İranda yaşayan türklərin niyə bu duruma gəlmişik, çatmışıq? Onun üstündə deyək ki, məsələn, kitab oxuyaq. Gələk deyək ki, biz ayda bir dənə cələsəmiz olacaqdır, ya həftədə bir dənə cələsəmiz olacaq, burada oturacaq, danışacaq. Amma burada hərəmiz gedəcək, ya bir kitabı hər kəsən oxuyacaq, yəni bir dənə kitab qoyacaq ortaya, deyəcək ki, məsələn, bu Əlif adlı kitabı hər üçümüz də gedək oxuyaq bu həftənin içində, ya bu bir ayın içində. Sonra gələk düşüncələrimiz nədir bu kitab haqqında? Bu kitabdan nə aldıq, onu danışaq. Bu olur bir fikir otağı. Çünki fikir otağı kitabdan çıxar, dostlar. Kitab oxumayan millət fikir otağı qura bilməz. Bu bir acı həqiqətdir mütəəssifanə. İstəyək, istəməyək belədir. Siz əgər bir dənə kitabı oxusaz, məsələn, mən bir kitab oxurdum, dünən gecə baxırdım videolarına, sümürgəçilik, yəni istemargəri.
farsça desək, istemarçılıq, sümürgəçilik. Məsələn, bunu siz əgər iki dostunuzla bərabər otursanız, yəni 3 nəfər olsanız, ya da ki, əslən o da deyil. Sən, xanımındır, ya ərindir, uşaqlarındır, oturursunuz, bir dənə kitabı oxursunuz. Məsələn, mən indi bəzən bu şəxsi şeyləri deməkdə, bir nağılları, hekayələri, xatirələri deməkdə adam bir şey axtarır. Yəni, adam deyir ki, mən bir söz yetirmək istəyirəm. Bu sözü yetirmək üçün görək ki, nə eləyə bilərim. Mənim burada 2 kameram açıqdır. Onun üçün mən o üzə baxanda fikir edirəm ki, şey olmur. Beləsi fikir edirəm ki, daha yaxşı olacaq. Həm ikisini də birdən görə biləcəyəm. Tamam. Ərz edeyim ki, dostlar, mən bu Kanadada bu son zamanlarda, geçən 6-7 ildə, 20 ildir buradayım, amma geçən 6-7 ildə bir hadisə yüz verdi. Mənim qızlarım, oğlum evləndilər, uşaqları oldu bəzisinin. Bunların, qızlarımın məsələn ərləri İranlı, bugün İran adlanan yerli deyil. Kanadada yaşayan uşaqlar ki, burada doğulublar, onların balalarıdırlar və İranlı deyirlər hər halda. Bunlar uşaqlarına həman məsələn deyərəm 4 aylığından, 5 aylığından hər gün 2 saat kitab oxurlar. Cəlibdir, uşaq adət edir. İndi mənim bu 3-cü nəvəmin 13-cü ayındadır ömrü. 13-cü aydadır. Bir mutat kimi bir kitab vaxtı gəlir. Cəlibdir ki, onda gedir kitabları alıblar, gedib o kitabları sürür, daşqanın üstündədir, gətirir qabağına, özü götürür. Nənə dedəsi götürəndə onu qəbul eləmir, bir ayrısını götürür özü, istədiğin. Onu götürür, gedir oturur dədəsinin, yəni nəsinin qucağında, bunu oxuyun mənə. Cəlibdir, baxırdım, gördüm ki, məsələn, 7 yaşında, 8 yaşında, 9 yaşında uşağın nəğilini oxurlar uşağa. Uşaq da oturur, qulaq asır. Çünki uşaq adət eləyibdir. İndi bunu elə oxuyanda mən birdən zehnimə gəlib, baxın, o fikir otağı beləsi olur. Burada bir dədədir, bir nənədir, bir uşaqdır. Otururlar, bir kitabı oxururlar. Mənim ki, oradan qıraqdan baxıram, öz-özümə deyirəm ki, məsələn, niyə mən uşaqlara kitab yazmıram? Məsələn, beynimdə uşaqlıqda ki, nəğillər düzəldirdim, onlar gəlir. Niyə mən onları yazıb yaymıram? Məsələn, mən bunları yazsam, daha çox pul qazanıram. Bilirsiniz, istəyirəm nə ərz eləyəm daha, mən yəni, umaram ki, məni tərsə anlamayasınız. İstəyirəm deyəm ki, kitab oxumaq, məsələn, uşağa bir kitab oxurlar, mən görürəm ki, bunun haqqında mən 100 dana nağıl düzəldə bilirəm. Ki, yoxdur, mən düzəldə bilirəm. Bəs kitab sizə, hər kitab ki oxursunuz, ailəvar oxursunuz və onun üstündə danışasınız. Sizə bir fikirlər gətirəcək. Məsələn, işsizik biz. İşimiz yoxdur. İş axtarırıq. Nə yaxşı ki, məsələn, o iş haqqında xüsusən internetdə kitablar vardır. Məsələn, gətirək deyək ki, o kitablardan tapaq, oxuyaq, ailəlikcə. Neynəmək olar? Lazım deyil, hətmən mən qabaqcakı işimə gedəm. Mən məsələn, qazetəçi idim, ömrümün yarısından çoxunu qazet eləmişəm. 32, 33 il, 34 il mən ruznamə işində olmuşam, xəbər işində olmuşam, radioda, televizyonda, məcəllədə, onlayn işləmişəm. Pul qazanmışam, yaşamışam, pisdən, yaxçıdan geçinmişim. İndi iş tapamıram. Lazım deyil, hətmən mən deyəm, illa və billah ruznaməni qarırıq gərək ola. Kitablara baxırsan, görürsən ki, olan. Məsələn, ya qulaq asırsan insanlara. Bu iş də var, mən bu işə də gedə bilirəm. Biraz zəhmət çəkər, bunu örgəşmək zorunda qalıram. Amma tamam, örgəşə də bilirəm, gedə də bilirəm, bunu işləyə də bilirəm. Bunun üçün dostlar,
kitab oxumaq tək canına yox. 2-3 nəfər ilə bərabər. Niyə? Çünki o otağı fikirləyirik, ya türkcə deyirlər fikir fırtınası. Yəni bu ki, 2-3 nəfər heç kəs o birisinə üstün görmür özünü. Heç kəs o birisinin sözünə təslim deyil. Hamı deyir ki, fikrinizi tökün örtüyə. Bu kitabı oxuduq, buradan nə aldıq? Ya bir dənə mövzu qoyur, məsələn deyir ki, hangi işi işləyək, ya işi tapaq? Deyir ki, tamam, gəl məsələn bunları danışaq. Gedir, onları danışır. Hər kəsənin nə zehninə gəlir, gülməli də olsa, ağlamalı da olsa, ağla batmayan da olsa tökür yerə. O mizin üstünə. Çünki o ağla batmayan fikir mümkün ən yaxşı fikirdir. O ağlı gəlməyən fikir, dəli fikir mümkün ən yaxşı fikir ola. Bəs fikir fırtınası otaqlarda olur. Yəni o otaq dediyimiz nədir? Dedik, ələn mən burada bir-iki dənə dostumuz var, bir də mənəm. Bu bir dənə otaqdır. Fikir otağıdır. İradə nədir? İradə budur ki, burada mən fəqət danışıram, dostlar danışmırlar. Amma əgər biz 2-3 nəfər toplanaq, gələk burada, bir hədəf bəlli ola. Deyək ki, biz istiyoruz görək, bir dənə otaq fikri yaradaq. Fikir otağı yaradaq. Nə cür yaradaq? Elə bu cür qərar qoyuruq ki, məsələn, Oğuz bəylə mən belə qərara gəldik ki, hər həftə cuma axşamı saat 9 Təbriz vaxtı ilə gələk burada ikimiz danışaq. Hərəniz bir şəhərdir yox, arada neçə saat aralıq var, fərq eləməz ki, neynəyəcəkdir? Oturaq orada danışaq. İndiyəcən məsələn neçə həftə idi xəbər təhlil edirdik. Dünəndən, yəni keçən cələsədən qərar qoyduq ki, yarısı xəbər təhlili, yarısı da keçsin fikir məsələləri danışaq. Yəni baxın o otaqdan çıxdı da, sonunda o otaqdan gördük ki, biz xəbər təhlili neyinirik məsələn, hamı da xəbər təhlil edir. Nə yaxşı ki, biz də otaq olmasaydı heç bunu düşünməyəcəkdik. Ki məsələn tamam gələk 2-yə bölək, yarısında bu olsun, yarısında bu olsun. Bunun üçün dostlar, otaqda hamının bərabər haqqı olmalıdır. Heç kəs o birisilərə dəstur vermə, falan eləmə deyil. Heç kəs öz fikrin o birisilərə zor eləməli deyil. Qəbul elətdirməli deyil. Yəni onda otağı fikirlikdən çıxır, rəislikdən. Cəlibdir, bu Kanadada, Amerikada fikir otaqlarında rəis gərək ola. Yəni bir idarədir, düzəldiblər. Burada idarələr də var bunun üçün. İranda da çoxdur. Təbrizdə də 3 dənə ya 4 dənə fikir otağı var, Tehran yaradıbdır. Urmiyədə 4 dənə ya 5 dənədir. Mən bunu 2011-də, 12-də işləmişəm. Günas TV-dən yaymışam. Ona görə yadımda deyil. 2011-dən də indiyəcən bir 13 il geçir. Bu 13 ildə məsələn mümkündür ki, bu fikir otaqları 10 dənə olmuş ola Təbrizdə, 20 dənə olmuş ola məsələn Batı Azərbaycanda, Urmiyədə, Urmiyənin ətrafı şəhərlərində. Ərz edeyim huzurunuza ki, bu rəis ki gəlir, rəis fikrini deməz. Çünki rəis fikrini deyən də hamı rəisi təyin eləməlidir. Üçün rəis iş verir, üçün rəis pul verir, üçün filan elədir, bəhmən ondan himayət eləməsən. Onun üçün insanların zehni budur ki, bir güclüdən himayət eləyərlər. İnsanlarda bu vardır da ki, insanlar deyirlər ki, biz güclüdən himayət eləyək. Hər kəs güclünü sevər, güclünün yanında durar. Onun üçün pullunun yanında dururlar, onun üçün güclünün yanında, dövlətin yanında dururlar. Niyə indi bizim yanımızda çox az adam vardı, amma İran dövlətinin yanında çox adam vardı? Çünki onda pul var, onda güc var. Bizdə indi güc yoxdur. Biz dövlətimizi quran gündən güc ələ gəlir. Güc ələ gələndə görəcəksiniz ki, Azərbaycanda 40 milyonun 39 milyon 999 nəfəri dedi ki, mən Azərbaycanın ordusuna gəlirəm. Çünki güc ələ gələndə insanlar gücü sevərlər, gücə bağlı olarlar. İndi bəs fikir otağı nədir? Fikir otağı bir yerdir ki, orada İnsanlar təvafuq edirlər, bir nəfərdən çox, 2 nəfər ya çox. İnsan təvafuq edir ki, biz burada toplanacağıq,
bir dana mövzu haqqında ya bir kitab haqqında oxuyacağıq, danışacağıq, fikirlərimizi deyəcəyik. Ya fikir fırtınası yaradacağıq. Nə cür? Deyəcəyik ki, mən dostlar, bu fikir fırtınasını Çinlilərdə çox cəlib görürəm. Bir dana bir şeyi o qədər müxtəlif şəkildə tərrahlıq elirlər ki, adam təəccüb edir. Wow, mənim niyə ağlıma gəlməyibdi? Məsələn, tamam kompaniyələr maşın düzəldirlər. Maşın 2 rədif səndəlisi olur. Bir sürücüdür qabaqda yandakı ilə, bir də daldakı oturanlar üçündür. Cəlibdir. Məsələn, bəzi maşınlarda gətiriblər daldakına uşaqlar üçün ya böyüklər üçün bir laptop qoyublar. Bu özü bir tazalıqdır. Bəziləri gətiriblər, mən bunu son zamanlarda gördüm, gətiriblər kafe yeri qoyublar, dalda, ortada qoyublar. Bu da qabaqdan var idi. İndi bəzi maşınlar, Çinlilər gətiriblər, qabaq səndəlin dalısında təyyarə səndəli kimi yemək yeri düzəldiblər. Qəhvə ya çay qoymaq yeri düzəldiblər. Ruznamə, məcəllə oxuyub ora qoymaq yeri düzəldiblər. Kompüter yeri düzəldiblər. Diqqət buyurursunuz. Yəni, insanlar beyin fırtınasından buna yetişirlər. Məsələn, birdən deyir ki, məsələn, niyə biz maşınımıza filan şeyi qoymayaq? Ya gəlin filan şeyi də qoyaq. Adam birdən görürsünüz ki, o heç kəsin ağlına gəlmirdi, batmır, birdən hamının ağlına batır ki, bu yaxçıdır ha, bunu qoyanda bizim maşınımızda bu apşin olur, yaxçı olur. Fikir otağı belə bir şeydir. Fikir otağında hər nə haqda desəz danışarlar. Yəni, hər fikir otağı bir şey üçündür. Hər şey üçün olmaz bir fikir otağı, hər şey üçün olmaz. Məsələn, dedim, biz istirik görək ki, Azərbaycan üçün istirik çalışaq, amma istəmirik insanlarımız da qoxusunlar, gəlsinlər bu otaq fikirlər. Nə edirik? Deyirik ki, gəlin kitab oxuyaq. 3 nəfər toplanırıq, kitab oxuyuq. Hərə bir fikir deyir. Vəsətdən bir fikir pırtdır çıxır. Ki, bu kitab buna cərətqə vurdu. Bunun yandırdı, başlatdı. Bu bizə çox-çox önəmlidir. Çox-çox önəmlidir ki, biz eləyə bilək, fikir başlarıq. Mövzunu təyin edirik otaqda. Bayaqçı deyirdim, rəis fikrin deməz buna görə ki, adamlar onun etkisi altısında qalıb, fikirlərin gizlətməsinlər filan. Qalar axırda, hamı fikrini desin, mən də axırda deyirəm. Fikri də yazarlar. Dedikcə yazılar. İndi məsələn, əgər kaş biz burada bir 5 nəfər, 10 nəfər olaydıq, elə burada bir dana fikir ortaya ataydıq ki, məsələn, İsrail-İran savaşı hara gedə bilər? Çox dəli fikirlər zehnə gələ bilər. Çox ağılsız fikirlər, amma mümkün o ağılsız fikirlər ən yaxşı fikirlər olar. Onun üçün beyin fırtınasına icazə verək. Beyin fırtınası, mən bəzən yazı yazıram. Ya bir şeyi, bir dana məsələn Azərbaycanlı yox da, biz türküq müstəmiri yox, beynimiz müstəmir olubdur. Bir dana kəlməni tərif edirəm. Bunu tərif eləyəndə deyirəm ki, adamlar mənə irad tutacaqlar. Tamam, 2 yolum var. Ya yazın, ya yazmayayım. Ya yazın mənə adamlar irad tutsun, ya da yazmayayım. Çox adam bundan qorxur ki, mənə irad tutarlar, yazır. O halda ki, elm dediyimiz bir şey ki var deyirlər, elm. Bu elm ibarətdir insanların yazdıqlarından, danışdıqları elm hesab olunur. Çünki qalmır ki, danışıq buradan gəldi, qulaqdan getdi, bir ayrı enerjiyə döndü, yox oldu, getdi. Bilmirik qalacaq, yəni bilmirik ki, deyirlər qalacaq da, amma bilmirik ki, bu, məsələn, dərdə dəyəcəkdir, dərdə dəyməyəcəkdir, o qutardı, getdi, əlimizdən çıxdı. Amma yazı ki, yazırsınız, o nəsillər boyu qala bilir, insanlar oxuyurlar, onu deyir ki, yanlış düşünübdür. Bunu bir ayrı cür də demək olar. Ya daha bunun üstünə bu kəlməni də qoyub daha yaxşı eləmək olar. Bu nə olur? Elm bundan törənir. Biz
Birincisi, gərək dostlar, İranda yaşayan türklər, hər kəs savadı olmaya, əslən savada rəbti yoxdur. Fikir otağının savada bağlılığı yoxdur. Sizin savadınız olsun doşcura ya olsun ibtidai. Savada ilgisi yoxdur. Çoxlu dərs oxuyanlar vardı, döşcuralar vardı ki, əslən fəqət həmmalətül kitab. Qur'anın bir gözəl sözü var. Deyir ki, bəzi insanlar həmmalətül kitab. Çox üzr istəyirəm. Eşşəyə bənzirlər ki, yükləri kitabdır. Ya məsələn, bunların içində bəziləri vardı, o yükləri kitab, yəni nə mənə? Kitabı daşıyır, amma kitabda nə yazıbdır, nə düşündür, nə yedir, əslən bunları bilməz. Bir iddə vardı, məsələn, bizim, buna misal bizim bir ustad danışqahımız vardı, bizə şey deyirdi, strateji deyirdi danışqahda. Məsələn, mən onun dərsindən, o zamanca dərs deyirdi, demirəm indi ki, onun üstündə 20 il geçir, 25 il, 30 il geçir. Demirəm ki, indi məsələn 34 il əslində geçir. 33 il. 1370-dən da mən o adamın dərsindeydim. İndi 1403-də iştilah eləməsəm olur 33 il. 33 il qabaq o strateji ustadımız bizə Leviatan kitabından dərs deyirdi məsələn. Əvvələn heç bilmirdik o Leviatan kitabı nədir? Çünki bizə verməmişdilər ki, almamışdılar, tərcümə də olmamışdı. Özü də Alman aşığı idi. Almanda dərs oxumuşdu, Alman aşığı idi. Məsələn, mən bunun dərsindən heç süd öyrəşmədim. Heç süd yox idi. Yəni adam əslində bir dənə cümləsi vardı, onu təkrar elədi, hafız elədi, filandı, bəhmandı, bundan sonra isə yəni mən o adamı məsələn, elə o zamanda deyərdim ki, bu adam məsələn, niyə bunu ustad ediblər? Nəzərimə gələrdi ki, bu həmmalətül kitabdır. Yəni, kitabı oxuyubdur, amma bilmir. Hafızı oxuyub, amma bilmir. Leviatanı bəlkə oxuyub, amma bilmir. Bu, bir tərəf qəzdiyə. Bir də, məsələn, bəzən də dostlarımız var, görürüz ki, başmaqçıdır. Kitab oxumuşdu. Savadı az idi ya da təqribən savadı yox idi. Yazı yazırdı. Siyasi təhlil verirdi. Siyasi qruplar düzəltməyə çalışırdı. Təşkilatlanmağa çalışırdı. Yəni bu istəyirəm deyəm ki, savadın təsiri yoxdur. Qur'anda iki dənə millətə tohin olub. İki qəşrə, iki sinfə tohin olubdur. Hər ikisi də kitabla ilgilidir. Birində deyib, bunlar eşgəhdilər, kitab daşırlar. Birində də deyib ki, bunlar düşünmürlər. Dədələrinə müqəlliddirlər, keçmiş nəsillərinə müqəlliddirlər. Onlar nə deyilbilər, elə bunlar da o yolu tutublar, gedirlər. Baxın, görün nə gözəl, yəni Qur'anda bir nəqd var. Deyir ki, kitabı gərək oxusan, onu üstündə düşünəsən. Görəsən düz deyir ya qələt deyir. Görəsən bu dərdə dəyən bir sözdür, dəyməyən bir sözdür. Qur'an adında bir kitab var. Bizim kitabımızdır, inandığımız kitabdır. Məsələn, neçə nəfər bunu oxuyublar, görürlər ki, bu nə deyir? Fikirləşərlər ki, bu nədən, nə mənə? Bu kitab deyir ki, hər kəs mənə bir ayə gətirsə, mən batil oluram məsələn. Məsələn, görək bu kitabın bu iddiasında nə deyir axı? Gedirik bunu qəbir üstü oxuyuruq. Bunlara deyirlər hammal. Onun üçün mollalar hammaldırlar. Dinçilər, çünki bunlar deyir ki, yox da bu kitabda, mən bundan sonra heç demək olmaz. Bunlar hədis dedikləri məsələn bir şeydir. Yapışıblar ondan, Qurandan baxmırlar, fikirləşmirlər, düşünmürlər. Zehnləri bir dənə dəmir yol üçün bir şey düzəldiblər. Bizim zehnimiz bundan gedəcək. Bundan çıxsaq qabağa suqut elərik, aşarıq. Diqqət buyurursunuz. Bəzilərdə danışırsan, kitab, məsələn, təhqiq eləmişəm. Mən təhqiq eləmişəm, inanmışam.
Neçə kitab oxumusan, hansılar oxumusan. Baxırsan görsən ki, 4-5 dənə dərdə dəyməyən kitab oxuyubdur. Onların da hamısı məsələn molla yazıbdır. Ya o fikri ki, istir onlar yazıblar. Bir dənə gedib bunların müxalifini oxumayıb görək ki, mən də oxumamışam, yəni indi deyim, yox, məsələn mən gəlib məsələn deyirəm, dinsizlərin ya Məsihilərin İslam haqqında yazdığı kitabı oxumamışam. İslam haqqında oxuduqlarım kitabların hamısı müsəlmanlar yazıblar. Yox, bunun harası təhqiqdir? O halda ki, məsələn, bu son zamanlarda Lobnanlı bir ərəb ilə tanış oldum. İnternetdə tanış olmuşam, yəni özünü tanımıram, mən fəqət videolarını görmüşəm. Məsihidir, keşişdir. O məsələn gəlibdir, İslamı sökür qoyur yerə. Adam da qulaq asır, görür ki, ulan, biz bunları heç eşitməmişik. Bəs dostlar, kitab oxumaq savada bağlı deyil, yazmaq da kitab savada bağlı deyil. Bizim bəzi şairlərimiz vardı tarixdə, bəzi yazarlarımız vardı tarixdə, dərs oxumayıblar. Elə əlifbanı öyrəşibdir, özü oturub ondan yavaş-yavaş özü yazıb, öz düşüncəsini yazıbdır. İndi biz əgər 4 nəfər, 5 nəfər olsaq, yığılsaq burada, bu bir dənə otaqdır. Bu otaqda qərar qoysaq ki, bir mövzu haqda təhqiq edək. Məsələn, dostlardan biri geçən həftə dedi ki, bir yerdə idi, toplanmışdıq. Zalib bir söz dedi. Dedi ki, Azərbaycanda elə cavanlar vardı ki, deyəndə ki, məsələn, hərəkəti milli bilmirlər yəni mənə. Elə adamlar var ki, deyəndə ki, məsələn, Günaz TV bilmirlər yəni mənə. Elə adam var ki, deyəndə İstiqlal bilmirlər yanında mənə. Mən bu dostumuza dedim ki, tamam, elə adamlarda var ki, savadı yoxdur. O dediği adamlar danışçıydılar. Deyir də danışçıdır, amma bunları bilmir məsələn. Ərdəbilli idi özdə. O misal verdi ki, Ərdəbilli bir dostumuz da gəlib Türkiyəyə, bundan soruşur, o heç bilmir. Mən də dedim ki, tamam, məsələn, bunun da tərsəsi var. Məsələn, filan kətdə bir dənə qoca xanım, məsələn, Günaz TV ilə ilgidədir. Mənlə ilgidədir, onunla ilgidədir. Bu darısı da var. Amma indi gəlin bunu təhqiq eləyək. Yəni, bundan rahat. Məsələn, danışçılarımızı tanıyaq. Otaq fikirdən bunları çıxaraq, dostlar. Otaq fikirdə birdən deyər ki, biz millətimiz istiqlal istəyir. Hardan bilək millətimizi? Məsələn, İnsafəli Hidayət iddia edir ki, mən millətimizin nümayəndəsiyəm. Filankəs də deyir ki, səni kim nümayəndəliğə seçibdir? Normalda şey deyir da, dövlət, İran dövlət deyir ki, sizi kim nümayəndə, sizə kim haqq veribdir, millətin tərəfindən danışarsınız. Millət nümayəndə seçib götürüb göndəribdir məclisə, onlar danışar, siz ki nümayəndə deyilsiniz. Tamam, bu çox gözəl, tamam. Buracan bu nəqd var. Bunun ispat yolu var. Görək ki, o nümayəndə millətin sözünü danışır, ya İnsafəli millətin sözünü danışır. Nə edərlər buna? Gələrlər, məsələn, bu otaq fikirdən belə bir sual çıxdı da, görək ki, İnsafəli Hidayət ya nümayəndələr, hansısı bu millətin sözünü danışır, fikrini ortaya qoyur, dərdini ortaya qoyur, yol görsədir. Gəlirik, deyərik ki, bu otaq fikir, gedin, görün ki, fوق lisans məqtəyində, ya doktora məqtəyində danışıcılardan tapın. Azərbaycanlı, ya qeyri-Azərbaycanlı, Kürd, Ərəb, Bəluc, Türkmən, Fars. Gəlin deyin ki, bu haqda bir dənə təhqiq elə, sən tezini bu haqda yazı ilə, xərcin biz verək. Normalda danışıcılar təhqiq üçün, Kanadada da bu cürdür, İranda belə deyildim. Təəssüfənə mən İranda təhqiqat keçirdim, 8 vahid təhqiq oxudum. 8 vahiddə bizə demədilər, siz yerə projeni yazasınız, projenin mali həzinəsini də çıxadasınız, ondan sonra bu proje icraya gedir. Kanadada o cür deyil, Kanadada deyir ki, əvvəl gərək fikir qoyasan ortaya, ondan sonra da xərcin qoyasan ortaya. Ondan sonra ki, çıxasan, deyəsən ki, mən istəyirəm bunu təhqiq eləyəm. Çünki əgər xərci o qədər ola ki, eləyə bilməyəsən, niyə bunu yazırsan ki? Niyə enerjini buna qoyursan ki? Danışıcıya bunu deyirlər. İndi, biz bir dənə fikir qoyuruq ortaya, dedik ki, bunu təhqiq eləyək. Getdik, bunun əbzarını tapmağa. Əbzarları nədir?
Budur ki, döşkürə danışçıları, fوق lisans danışçılarından tapaq. Deyək ki, məsələn, biri Tehranda, biri Çərəzdə, biri Zəncanda, biri Qəzvində, biri Həmədanda, biri Batı Azərbaycanda, biri Doğu Azərbaycanda, biri Ərdəbildə və Əraşda, Simnanda, Yəzdidə, Karşanda, nə bilim, Qəşqayistanda, Türkmenistanda. Məsələn, bu tədadda, məsələn, deyək ki, sən burada bunları təhqiq eləsən də burada, həman bir dana mövzunu, məsələn, deyək ki, 10 dana Türk iyalətində təhqiq edin. Mövzuları, sualları indi gəlirik bura, dostlar. Deyirik ki, bu danışıcıya dedik, bu da qəbul elədi. Bu cəsi də dedi ki, məsələn, 10 milyon, 5 milyon, 3 milyon, mənə buna pul lazımdır. Tamam, bunu da dedik ki, tamam, veririk. İndi gəlirik bunu ki, suallar nə olsun? Beyin fırtınası lazımdır. Teori lazımdır. Yəni biz gələk burada teori qoşacaq ki, böyük şeyləri kiçik bir suallarla böyük bir şeyi izah eləyə bilər. Burada görürsünüz, yenə beyin fırtınası, sualları tökürük, tamam sualları tökürük burada, yazılır, onlar ki, ağla gələr, ağla gəlməz, yaxçıdır, gülməlidir, pisdir, utanıram deyən, bunlar yoxdur. Bunların hamısını tökürsünüz, sonra bunların içindən bir fikir çıxır. Görür ki, bunların içindən yıxsan, 10 dana fikir çıxdı. Məsələn, bunlardan, məsələn deyirəm, indi soruşaq. Bu otaqda dedik ki, biz nələri soruşsaq bilərik ki, bu millətin nümayəndəsi, nümayəndəsin kimdir? Əvvəl bunu deyək onda. Nümayəndə kimdir? Nə iş görsə ona deyirik nümayəndə. Əcəba, seçilən adamlara deyirik nümayəndə, yoxsa adamlar ki, seçilməzsə də millətin sözünü deyir. Bir dənə sual beləsi, baxın, buradan çıxdı. Buradan çıxdı ki, biz kimə nümayəndə deyirik? Bu bir dənə teoridir. Onda deyirik ki, məsələn, hər kəs, teorimiz belə olsun, hər kəs millətin sözünü desə, işinə baxmayaraq, savadına baxmayaraq, bu teoridə bu gəlir. Bu, millətin nümayəndəsidir. Baxırıq məşrutə dövrünə, Əlbəttə bilirsiniz, təhqiqatdan normalda gedərlər bir tarixi təhqiq deyərlər də, nümayəndələr nədir olubdur. Məsələn, bizim nümayəndələrimiz birincisi məşrutədədir. Orada görürük ki, məşrutədə nümayəndə seçilmək üçün şey yaranmır. Bu da çox mühüm məsələlərdən dostlar. Mən bunu bəzi dostlarımla danışmışıq, görmüşəm ki, diqqət eləməyiblər, amma mənim zehnimə gəlibdir. Məşrutə dövlətində, məşrutə məclisində o ziyalı şahımız Müzəffəriddin Şah və oğlu Məhəmməd Əli Şah deməyiblər ki, hər kəsin lisansı var, gəlsin nümayəndə olsun. Çünki lisansı alan, yəni ki, biz də lisans almayanları qəbul eləmirik. Oldu bir dənə qəşr, bir sınıf, hər kəsin bu işi var, yəni lisans alıbdır. Bu eləyə bilər məclisə, o birisilər eləyə bilməzlər. Yəni nə mənə? Yəni bu millətdə bu lisans əslən ömründə məsələn harda yaşayıbdır, bilək ki, bu millət nə çəkir. Məsələn, elə bilin deyək ki, hər kəsin kərxanası var, gəlsin olsun nümayəndə. Hər kəsin kərxanası yoxdur, nümayəndə ola bilməz. Bu nə deməkdir? Bu bunu deməkdir ki, bu kərxanaçı əslən millətin içində yaşamayıb ki, kasıblıq çəkməyibdir, aclıq çəkməyibdir, işsizlik çəkməyibdir, pulsuzluq çəkməyibdir, uşaqlarından utanmayıbdır, evsiz qalmayıbdır, kirasını yetirə bilməyibdir, kolyəsini satmağa getməyibdir ki, şey eləyə. Tamam, bu bizim dərdimizi bilməz ki. Məşrutə dövlətində o dedim, böyük şahlarımız, Müzəffəriddin Şah və Məhəmməd Əli Şah nə deyiblər? Deyiblər ki, nümayəndəni o adam seçər ki, nümayəndəni tanır. Kim nümayəndədir? Məsələn, Təbriz yekəlikdə şəhərdə 20 nəfər, 50 nəfər, 100 nəfər nümayəndə olsun. Bunları Təbriz milləti bunları tanır. Yox, tanımaz ki, hardan tanıyacaqdır? Bu 50 nəfərin heç birini tanımır. 50 nəfərdən birini belə tanımır millət. Bəlkə biri radio, televizyonda 2-3 dəfə görüblər, bəlkə. Onda %10'u, %20'si, %50'si tanır, qalanı tanımaz. Nə edəcəkdir? Məşrutədə belə təsmin tuturub, ağıllı şah, çox ağıllı. Deyir ki,
Hər şəhrin içində sinflər var, işlər var. Bazarlılar bazar nümayəndəsi seçəcəklər. Nəccarlar nəccar nümayəndəsi, palanduzlar palanduz nümayəndəsi. Məsələn, bəqqallar bəqqal nümayəndəsi. Çünki hər kəsin bir işi vardı da, amma o işində olanı tanır. O işdən xaricləşin, dəmirçilər dəmirçi, qənovçular qənovçu, zəmitçilər zəmit. Baxın, görürsünüz nə gözəldir. Yəni, siz indi yox, ilmək salanlar deyək ki, Təbrizdə bir 10.000 dənə ilmək salan var. Əgər bunların mərkəzi olsa, bunlar bir-birini tanırlar. Dəmirçilər bir-birini tanırlar. Nəqqaşlar %90 bir-birini tanırlar. Bunun üçün məşrutiyyətə gəlir deyir ki, sinfidən seçəcəksiniz. Və nümayəndələr beləsi gedir. Gedirsiniz məclisə, görürsünüz ki, əksi vardı məclisin, Məclis Şura Milli Məclisin. Nümayəndələr yastıq qoyublar, üçün onda hələf elən birinci məclisdə səndəl yoxdur. Yastıq qoyublar, uzanıblar, yerə yatıblar. Əhsin salıblar, deyirlər ki, bunlar bunun dili bilmir. Biri danışır, məsələn, farsça danışır, bunlar bilmirlər. Yəni, bu üçün İranlılar yalandan deyirlər, ha, fars dili müştərək dildi, nə bilim, tarixdən gəlibdir. Məclisdə nümayəndə bilmir ki, o nə danışır, başını qoyub uzanıbdır. Bir neçə aydan sonra deyirlər, bizə bunlara dilmancı gətirək, mütərcim. Türkçəsi dilmancıdır bizim dilimizdə, dilmaşdır. Dilmancı gətirirlər, bu dilmaşlıq edir. Yəni, o tərcümə edir. Deyil. İndi İranda nə eləyiblər dostlar? İranda gəliblər, məclisi təbəqati eləyiblər. İngiliscə class. Təbəqat olubdur. Yəni, özü də buna görə ki, imtiyaz verə, təbəqəni də sındırıb deyir. Özü qanun qoyubdur, sonra qanun sındırıb deyibdir ki, mollalar da əgər Hövzə-i elmiyyə bunlara muadil versə, bu muadil lisans, fövq lisans olsa, bunlar da eləyə bilərlər, gəlsinlər. Ağa, bayaqdan demişin axı lisans. İndi istəyirsən üçün mollalar da geçsinlər ora, 2 sinfi gəlsin. Bir onlar üçün lisans və lisansdan üstə mədrəkləri vardı, bir də mollalar üçün muadil lisans dərsləri olar. Öz də ondan sonra deyir ki, mən bunu deyim da, lisans kimdir. Lümə oxusa olur lisans, lümədən üstə geçsə olur, nəmənə oxusa olur fövq lisans, geçsə də məsələn, ictihad dərslərinə geçsə olur döşkürə. Tamam. Yəni bir dənə gençlik deyir ki, o birisilər. İndi bunlar gediblər məclisə, diqqət buyurun, görün bizim başımıza nə oyun gəlibdir. Döhtürlərlə mühəndisləri yığıblar məclisə. 2 eşli, heç birisi işləməyibdi. Heç birisi, bəlkə aclıq çəkiblər uşaqlıqlarında, amma evlənən zamanı, danışqahdan çıxandan sonra aclıq çəkməyibdi. Çətinlik çəkməyibdi. Məclisə gedəndən döhtürlərin hüququ, bu hətta döhtür Pezeşkiyanın vəzirlik dövrəsində və nümayəndəlik dövrəsində döhtürlərin hüququ 10 bərabər getdi yuxarıya. Yəni, məsələn, Pezeşkiyan gələndə gedirdin döhtürə 3000 tümən əgər yadımda olsa, 1300 məsələn deyək ki, 58, 59, 60, 61, 62, nə bilim, 70 bunlarda. Gedirdin 60, 64, 65 bunlarda. Gedirdin döhtürə 3000, 5000 verirdin, gedirdin döhtürə. İndi döhtürə gedirsən, biyməni qəbul edir, biyməni alır. Ondan sonra deyir, mən biymə ilə baxmıram, fəqət biyməni yazacağım. Kağızı götürür, yəni biymanın kağızını götürür, qoyur ora. Səndən də duvar 200, 250, 500 alır, deyir ki, məsələn, müayinə edir. Yəni, təbəqatı oldu da, məclis təbəqatı oldu, mühəndislər kef edirlər. Adamlar ölür, gedir, zəlzələ düşür, adamlar ölür, mühəndislərin burnundan qan gəlmir. Bunun üçün nümayəndə, indi biz otağı fikirdən danışırıq, ki, qeyd edirəm nümayəndəyə. Otağı fikirdə indi dedik ki, biz təhqiq eləyək, görək ki, millətin nümayəndəsi kimdir? İnsaf əliyyətay insanlar nümayəndədir, yoxsa məclisə gedənlər nümayəndədir? Nümayəndəni də tərif elədik özümüz ki, bizim nəzərimizə nümayəndə o adamdır ki, fırtınadan çıxdı da, bu dedik 5-10 dana sual töydük, içindən çıxdı ki, nümayəndə o adam ki, millətin sözünü danışsın. Görək bu millət bu sözü deyir, rədd edir. Bir dana, 2 dana sualla bunu qoyuruq şeyə, 5-6 dana da ayrı teori qoyuruq, göndəririk millətin içinə.
Millət bunu oxuyurlar, deyirlər ki, cavab gəlir. Baxırıq, görürük ki, deyirlər, yox. Hər kəs gedib məclisə o nümayəndədir. Tamam da, onda mən çıxdım. Amma əgər millət desə ki, yox, hər kəs bizim sözümüzü deyir, bizim nümayəndəmiz odur, üçün sözümüzü deyir, onda o nümayəndələr ki, məclisdə nümayəndə deyil, mən nümayəndəyəm. Diqqət, fikir otağı bir budur ki, tapa müşkül nədir? Fikir otağının bir işi budur ki, deyə, ağa, müşkül nədir? Bir də budur ki, deyə, müşkülə çarə nədir? Çarə deyəndə bir daha çarə yox. Burada, məsələn, o otaqda olanlara deyirlər ki, beyin fırtınası yaradır. Yəni ki, nə mənə gəlir zehninizə, türklərin müşkülü nədir? Niyə inqilab eləyə bilmirlər? Niyə İran dövlətini yıxanmırlar? Bu sual. Türklərin müşkülü nədir ki? Fikir otağında bunu məsələn soruşuruq. Türklərin müşkülü nədir ki? İranı yıxıb istiqlallarını alamırlar. Bu beyin fırtınası eləyək. Beyin fırtınasında hər kəsin ağlına gələni, gəlməyəni, gülməli ola, qorxmalı ola, ziddi insanı ola, ziddi hüquq bəşər ola, hər nə ola tökür meydana. Tökür ola. Mülahizəsiz. Görürsünüz, bir də məsələn, bir dana buna 300 dana, 500 dana söz tökülür ki, bu dəlil, bu dəlil, bu dəlil, bu dəlil. Yığırsınız bunları dəstələyirsiniz, görürsünüz ki, məsələn, okey. İndi ikinci işi nədir? Çarələr nədir? Neynəmək olar ki, Azərbaycan ya Türk milləti İranda qalxsınlar, Fars dövlətini yıxsınlar, öz dövlətini qursunlar? Neynəmək olar? Yenə də beyin fırtınası edir. İndi ondan sonra deyirik ki, tamam. Ya da deyirik ki, əvvəlimci suala gələndə deyəndə, niyə? Müşkül nədir ki, Türklər Fars dövlətini yıxanmırlar? Beyin fırtınası elədik, gördük bir nəticəyə çatmadıq, çox bir şey çıxmadı. Deyirik ki, tamam, dostlar, gedək kitab oxuyaq. Gedək o birisi millətlərin istiqlal alıblar, onların kitablarını oxuyaq. Gedirik Əlcəzairin tarixini oxuruq, gedirik Türkiyənin, yeni Türkiyə, Osmanlı yox. Yeni Türkiyənin tarixini oxuyuruq, gedirik Ərəb məmləkətlər ki, Osmanlıdan ayrıldılar, onların tarixini oxuyuruq, gedirik. Hər dövlət keçən 100 ildə, 100 ildə də yox, 75-80 ildə 150 dövlət düzəlibdir. 150 dövlətin gedib onların istiqlal məsələlərini oxumağa çalışır. Əgər 150 dana dövlətin istiqlalını oxusaq, dostlar, o otağı fikir oxusa, 150 dana dövlətin təcrübəsi gəlib töküləcəkdir miz üstə. Bizim 150 dana yaşanmış təcrübəni örgəşəcəyik. Biz 150 nəticəyə getmiş, sonuç tapmış fikirləri örgəşəcəyik. Eyni halda onların hərəsinin də yüzlər iştibah elədikləri də o kitablardadır. Yüzlər iştibah eləyiblər, amma o kitabdadır. Onları da örgəşəcəyik. O iştibahları da eləməyəcəyik. Yəni, diqqət buyurun. Məsələn, getdik, oxuduq ki, Əlcəzair Fransədən nə cür istiqlal alıbdır? Bəhreyn İrandan nə cür istiqlal alıbdır? Hindistan İngilistandan nə cür istiqlal? Kanada İngilistandan nə cür istiqlal alıbdır? Amerika İngilistandan nə cür istiqlal alıbdır? Amerikançı qədimidir. Tazalara baxaq. Sudan nə cür istiqlal alıbdır? Yugoslaviya nə cür istiqlal alıbdır? Rusiyadan ayrılan 15 məmləkət ki, biri də Azərbaycanda, Ermənistanda, Gürcüstanda, Tataristanda filandır, Bəhmanda, bunlar nə cür istiqlal alıblar? Bunları həm bu iki bir dənə nəticəyə yetişibdir. Yəni bir də o kitablarda oxuruq ki, bunlar bir nəticəyə yetişiblər, sonuca. Sonuç nədir? İstiqlalların qruplarda bir dənə yol tapıblar ki, çoxlu yollar gediblər, çoxlu iştibahlar eləyiblər, onlar da bu kitabdadır. Məsələn, fikir edin ki, 100 dana iştibah eləyiblər, 100-cü yolları iştibaha getməyib, düz gəlib çıxdı hədəfə. Biz o 100 dana ki, iştibahda 14 yaşmışıq, bu bir dana da biz o 100 iştibahda eləməyəcəyik. Bu bir iştibaha da təcrübə eləmək imkanımız var. 150 dana məmləkətin 150 dana istiqlal yolu var ki, qazanıblar.
Bu qazanan yolları biz də bəlkə keçsək qazana bilirik. Çünki qazanır. Amma mümkündür o 150 məmləkətdə 1500 dana da yol gediblər ki, zərər qoyublar. Biz onları getməyəcəyik. Çünki bilirik onlar, o millətlər bunları qoyublar, zərər görüblər. İndi diqqət buyurun, baxın elə buradan, bu günləri bunu baxın. Görürsünüz ki, əgər biz 150 nəfər adam olaq, 50 nəfər adam olaq, deyək ki, Həsən, sən gedəcəksən Əlcəzair, Sudan, Misr, bunları oxuyacaqsan. İnsaf Əli, sən gedəcəksən, məsələn, Suriyə, Ərəbistan, Kuveyt, bunları oxuyacaqsan. Qasım, sən gedəcəksən, məsələn, Azərbaycan, Ermənistan, Gürcəstan oxuyacaqsan. Sən gedəcəksən, məsələn, Yugoslavi, Bulqaristan, filan oxuyacaqsan. Sən də gedəcəksən, məsələn, Korəni, Çini, Hindi oxuyacaqsan, məsələn. İndi bir aydan sonra gəldik, dedik ki, 150 dana burada fikir var. Bir ay, 2 ay fəqət bizim bu çəkəcək bu fikirləri bir-bir qoyaq ortaya, bunları bir-bir gələ tozif verək. Hər şeysən gələ deyək ki, tamam, Azərbaycan bu cür oldu, Ermənistan belə oldu, Çeydə belə oldu, Kürdlər belə oldular, Türklər belə oldular, Qibres belə oldu, Yunan belə oldu. Görəcəksiniz ki, wow! Biz yolları tapmaqda belə müşkülümüz var imiş. Amma o fikir otağı bizə nə göstərəcək? Deyəcək ki, tamam. Bizim gözümüzün qabağında 150 dana müvəffəq təcrübə var. 1500 dana da sınmış təcrübə var. İstiqlal elminin, dostlar, diqqət buyurun, görün nə deyirəm. İstiqlal elminin payası nədir? 1500 dana sınmışlar, teorilər içi sınıblar, işlər içi sınıblar, vərşikəst düşüblər, şikəstə müncər olublar. 150 dana teori için nə olubdu? İstiqlala gedibdi. İstiqlal bir dana elm yarandı, nə mənə? İstiqlal elmi. Mütəəssifانه bu heç danışqata tədris olmur. İndi mənim özümün zehnimə gəldi elə burada. Bu gün otağı fikirdə danışmağım çox gözəl oldu. Mənə özümə bir dana fikir gəldi. İndi bir dana elm yaranır, istiqlal yolu. Ya məsələn, yollar, istiqlala gedən yollar zəfər qazanmış və uduzmuş yollar. İstiqlala gedən yollar sınmışlar, şikəst yemişlər və zəfərlənmişlər. Baxın, indi burada görürsünüz bir dana elm çıxdı. Wow, mən indi diqqət edirəm, məsələn, mümkündür ki, 50 vahid dərs olar. 35 vahid, 40 vahid dərs olur. Və buradan bizim kimi millətə bu lazımdır. Yəni, belə bir elmi yaratmaqdır bu. İstiqlala gedən yol. Bu yolların, bunları gediblər dünyada şikəst yiyiblər, adam ölübdür, amma bir nəticəyə çatmayıblər, bunları da gediblər, müvəffəq olublar. Ondan sonra biz gözü bağlı gəlmərək, qandi, qandi, qandi deyə bizi alladalar, qandıralar. Fəaliyyət mədəni deyə bizi qandıra bilməzlər. Bəs dostlar, otağı fikir nədir oldu? İndi üçün istəyirəm qutaram, nəzərimə gəlir ki, mən dünənləri ömrümün ən böyük videosunu danışmışdım. 4 saat dünən danışmışdım. Axir internet özü kəsdi ki, 4 saat qutardı. 4 saat dünən danışmışdım. Bu gün istəmirəm o cür danışam. İstəyirəm ki, elə 1 saat, 1 saat 20 dəqiqədə qutaram geçsin. İndi də baxdım. 1 saatdan bir 7-8 dəqiqə azdır zahirən. Bu 7-8 dəqiqədə də qutarım. 1 saat olsun. Fikir otası nədir dostlar? Və biz bunu yaratmalıyıq. Hər kəs öz ailəsində, öz dostları ilə bir dana fikir otağı yarada bilər. Fikir otağı büdcə almaz. Alar ha, biz o mərhələdə deyirik. Bizim dövlətimiz yoxdur. Deyək ki, bizə sən büdcə vericindən biz burada məsələn bu məsələ haqqında fikir ortağında işləyək. Biz indi
Gönüllü işləyirik millətimiz üçün. Pul almırıq heç yerdə. Bunun üçün məsələn burada əlan otaqda 5 nəfərik. Mənimlə bərabər 5 nəfər adamıq. Bizim hərəmiz gedirik 5 nəfəri yığırıq dövrəmizə. Oluruq bir qrup, bir dənə otaq. İndi biri Fransadadır, biri Almandadır, biri Rusiyadadır, biri Türkiyədədir, biri də Təbrizdədir, hardadır, bu cürsə. Yığıldıq, deyirik ağa, biz istiyoruz Güney Azərbaycanın istiqlalına gedən yolları, millətlər hangi yolla istiqlal tapıblar, onu tapaq. Gəlin, hərəmiz bir dənə kitab oxuyaq, həftədə bir dənə cələsə qoyaq. Hərə o həftədə neçə səfər oxuyub gəlsin, onu xülasə desin və bizə tozif versin ki, özü nə götürür. Görəcəksiniz ki, 2 aydan sonra orada yüzlər fikir çıxacaq ortaya. Yüzlər, o 5 nəfərdən. Yüzlər fikir çıxacaq. Çünki hər həftə danışırıq, deyirik bu kitab bunu dedi, mən bunu sevdim, mənim nəzərimə bu fikir belədir, elədir. Bizim Güney Azərbaycanda ya İranda da belə və türklərin vəziyyəti belədir. Bu yol beləsi alar, o bizə beləsi, bunu eləyə bilirik, bunu da eləyə bilirik. O da deyir ki, yox, bunda məsələn bizim Hindidə bu cür bir şeyli var, bizdə yoxdur. Məsələn deyirəm, misal vururam. Hindidə İngilistan hakimdir, İngilistanda bir demokrasi var, Hindilərin ruznamələri var idi, orada Hindilər xəbərləri yaza bilirdilər, İngilistanın parlamanında nümayəndələr onu oxurdular, deyirdilər ki, tamam, burada biz qətl edirik, eləməyək. Amma İranda belə bir şey yoxdur, bəs bu olmaz. Niyə? Çünki İngilistan azdan çoxdan özünü demokratik bilirdi, İran özünü demokratik bilmir. Amma məsələn, nə cür millətləri, müsəlmanları, sikləri, hinduları, ilan Allah bilənləri, öküzü Allah bilənləri, filanları yığışdırmışdı, hamısını bir millət eləmişdi Hindili adında. Bunları ixtilafları var idi. Çünki sonra da bunlar partladılar. Məsələn, Pakistan özü bir dövlət oldu, ayrıldı savaşla. Neçə milyon adam bu savaşlarda həm öldülər, yaralandılar, həm də evlərindən qaçdılar. Yer yurtlarından qaçdılar. Dünyanın ən böyük köçü Hindistan, İngilistandan ayrılandan sonra üz verdi. Dostlar, bəs beləsi olur ki, biz hər 3-4 nəfər mövzunu müşəxəs edir. Mövzu, məsələn, biz, məsələn deyirəm, misal üçün, otağı fiş qurmuşuq, 4 nəfər, 5 nəfər indi yoldaşlarımız deyirik ki, gəlin görək, biz nə cür təşkilatlana bilirik. Güney Azərbaycanda və türklər İranda nə cür təşkilatlana bilərik içəridə? Eşikdə yox. Eşikdə kafi qədər təşkilat var. İçəridə biz nə cür təşkilatlana bilirik? Gedək oxuyaq, görək təşkilatlar nə cür? Əvvəl gərək ki, təhqiq edək, görək ki, araşdıraq, görək ki, nə cür təşkilatlanarlar? Həsən, sən getginən Güney Azərbaycanın, Qəşqaistanın, Türkəmən Səhranın hizbilərin tapcına, liderlərin tapcına, onlarla müsahibə elə, onlarla danış, görək ki, nə cür qruplar hizbi? Hizb nə cür qururlar? Nələr lazımdır bir hizb qurmaq üçün? Bir təşkilat qurmaq üçün? Görürsünüz, bir nəfər gedir, məsələn, deyir ki, sən get qədimi hizbiləri soruş, sən get taza hizbiləri soruş. Biri gedir Mücahidin xalqin tapır, ondan soruşur, biri gedir Tudəni tapır, biri gedir Zəncibəranı tapır, biri gedir Xalq-ı Müsəlmanı tapır. Bu hizbiləri tapdı, bunlardan soruşur ki, bir hizbi necə qurmaq olar? Siz şah zamanı hizbi necə qurdunuz? Hangi fürsətlərdə, nə cür adamları dövrəcə yığdınız? Nə cür, hangi fikirlər əsasında qurdunuz? Nə cür əslən qurmaq olar? Görürsünüz ki, oradan bir daha şey çıxacaqdır ki, hizbilərin təcrübəsi gələcəkdir. Dünənki bəhsimiz gələcək. Dünənki bəhsimiz nə idi? Məramnamə. Məramnamə gələcək. Biz biləcəyik ki, məsələn, bizə məramnamə lazımdır, əsasnamə lazımdır.
Ondan sonra heç olmasa 3 nəfər lazımdır ki, bir mövzuda, bir qonuda, bir təşkilatı yaratmaqda birləşələr. Sonra da bu 3 nəfər gərək bir-birini qəbul eləyirlər. Bu deyək ki, sən rəis ol, mən səni qəbul edirəm. 2 nəfər o birinci adamı ki, rəis seçirlər, onu qəbul eləyəcəklər. Üçüncüsü budursuz, dördüncüsü budursuz, beləsi təvafuqa yetişirlər, biz bərabər işləyəcəyik. Ondan sonra deyir ki, gedək kitab oxuyaq. Görək ki, Amerikada nə cürdür, Kanadada nə cürdür, Suisdə nə cürdür, Türkiyədə nə cürdür, Qibrisdə nə cürdür, Əraqda nə cürdür, Türkəmənlər Suriyədə nə cürdülər, Kürdlər nə cürdülər, Ermənilər nə cürdülər. Məsələn, mənim nəzərimə təşkilatlardan biri ki, çox mühümdür, bilməli yox, erməni təşkilatıdır. Erməni təşkilatı tarix boyu çoxlu terrorlar eləyibdir və biz xəbərimiz olmayıbdır. Yəni, bilmiyorum. Dostlardan biri yazıb ki, sən Allah, təşkilatlardan danışanda adamın halı qarışır. Sayın Hidayət bəyim. Çünki təşkilatlarımız bu 20 ildə heç bir çıraq hidayəti olmadılar. Doğru, düzgün təşkilat yoxdur. Fəqət camoh təşkilatı milləti. İndi bu dostumuz çox sağ olun, təşəkkür edirəm düşüncənizi yazdınız. Vətən adlı dostumuzdur. Gözəl. Nəzərinizi yazmışsınız. Dünənki bəhsə qeyd edirsiniz məni. Dünən bu bəhsi eləmişəm, 4 saat çəkibdi. Çox gözəl bəhslərimiz oldu dünənləri. Mənim özümə də beyin fırtınası, elə indi bu günlərki beyin fırtınası gəldi. Dedim, istiqlal elmi. Dünənləri də orada elə beyin fırtınasında mənim özümə gözəl fikirlər gəldi. Və ilham bəlkə də buna deyirlər. İlham da bəlkə buna deyirlər ki, adam bir sözü deyir, birdən zehnində bir çıraq vurur ki, biz istiqlal elmi yarada bilirik. Bizim gələcək danışıqlarımızda məsələn, istiqlal elmi haqqında bir də ona lisans vermək olar. Yəni, diqqət buyurun, bu qədər önəmli gəldi mənim nəzərimə. Ki, adam İstiqlal, məsələn, buna deyirlər nəzəriyyə-hay, məsələn, farsça desək nəzəriyyə-hay istiqlal, amma istiqlalçılıq düşüncələri bir dənə özü təşkilatdır. Amma indi dostumuz, vətən dostumuzun gəlsək sözünə, baxın dostlarım, siz təşkilatları tanırsınız da yox. Bu bir. Təşkilatların məramnamələrini oxumursunuz da yox. 2. Təşkilatların içindəki adamlarla danışmısınız ya yox. 3. Təşkilatlar bilirsiniz işlərin nədir, nə cür işlərlər? 4. Təşkilatların düşüncələri, təşkilatlar nə üçün təşkilatlanarlar? Baxacaq görürsünüz, təşkilatlar nə üçün? Yəni, amac üçün təşkilatlanarlar. Əgər bir təşkilat deyir, mən silahlanacağam, o silah toplamağa başlar. Əgər bir təşkilat deyir, yox, mən silahlanmıram, amma düşüncə sahəsində gəlirəm, o da düşüncə sahəsində işləyəcəkdir. Ondan sonra biz əgər bunları bilsək, tamam. Bilməsək necə? Ondan sonra görürük ki, təşkilat neyini bilər? Məsələn, fikirləyin ki, mən bir təşkilatam. Siz əslində özünüz bir təşkilatsınız. Neyiniyə bilərsiniz? Əgər siz, mən gedib o təşkilata üzv olmasaq, onu deməsək ki, yüklərinizdən birazını da verin, biz çiynimizə alaq götürək, neyiniyə bilərlər? Məsələn, o təşkilat sənə deyər ki, sən mütaliə əhlisən, düşüncə əhlisən, sən məsələn, Urmiyədəsən, Zəncandasan, hər yerdəsən, orada getkinə adamlara bizim məramnaməmizi tanışdır. Dərsdir. Yoldaşlarla getkinə dağa çıxın, adamlarla dost ol, dağa gedəndə danış, bunları yavaş-yavaş hizbin adını çəkmə, amma sən bunları de. Qoy insanların qulaqları taqqıldasın, qoy bəhs eləsinlər, qoy səni nəqd eləsinlər, filan bəhman. Yavaş-yavaş bu millətin içində yer açsın. Yox ki, sən deyəcəksən ki, təşkilat elədi, belədir. Bilirsən, bizim dostlar, bizim çoxumuz sizli mənli.
Biz təşkilatlara İran təbliğatı ilə baxırıq. Onlar nə deyiblər, biz də onu qəbul eləmişik. Yəni biz müstəqil baxmırıq ki, bizim zehnimizdə olan qəzavətimiz hardan gəlir? Məsələn, mən özümü deyim, mən heç kəsi demirəm. Mən heç bir Azərbaycan ya Türk məmləkətləri var, 8 dana, 9 dana məmləkət vardır, Türk məmləkəti ki, hizbiləri var içində. Türkiyənin içində məsələn 20-30 dana hizbi var. Əgər iştibah eləməsəm bu son seçkilərdə şəhər şurası seçkilərində Türkiyədə 50 parti, yəni hizb şirkət eləmişdi. Güney Azərbaycanın özünün 20-21 dana hizbi var. Federalistlərdən sonra. Biz bunların hangisini oxumuşuq? Hələ deyirəm, Azərbaycan Cumhuriyyətində var, o birisi Türk Cumhuriyyətlərində var. Fərqli olaraq Qibrisdə var, Türkmənlər Əraqda, Türkmənlər Suriyədə hizbləri var. Amma biz bunların hangisini oxumuşuq? Neçəsini oxumuşuq? Hizbin işi nədir? Bunu bilirik. Biz nə edə bilərik? Ya, əslən onları bildik. Biz nə edə bilərik? Məsələn, dostlar, mən şəxsən İnsafəli Hidayət olaraq fikir edirəm ki, Azərbaycan türklərin içində 10.000 nəfər kitab oxusa, biri də mənəm. Yəni, çox kitab oxuyanlardan biri mənəm. İndi biraz az oxuyuram, təsadüf eləyəndən bu kitab çox az oxuyuram. Cəmdə az olsa, 2 dana, 3 dana kitab oxumuşam bu 2 ildə. Minlər məqalə oxumuşam. Minlər məqalə oxumuşam. Özüm də minlər məqalə yazmışam. Mən keçən 2 ildə fikir edirəm ki, 600-700 məqalə yazmışam. Geçən 2 il yarımda. Onu da o qədər də oxumuşam yəni. İngiliscə oxumuşam, ərəbcə oxumuşam, türkcə oxumuşam, farsça oxumuşam, kitab oxumuşam. Məsələn, dünənləri, keçən həftə Döştür Cəvad Miriyə Minət bir şey yazmışdı ki, bir tane Nəxşəbi adında bir adam vardı, müstəar addı. Şah zamanı bu adam Təbrizdə olubdu, bir kitablar yazıbdı. İndi bilmirəm, Azərbaycan zidlidir ya Azərbaycan nəfrinədir, onu bilmirəm. Amma yazmış ki, bunun fikirləri cəlibdir, oxumalı və nəqd eləməlidir. Mən o adamı tapdım, tez kitabların 8 kitabını download eləmişəm ki, bunları oxuyam. Çünki düşmənin də nəzərlərini biz bilməliyik. Məsələn, hər halda bunlardan çıxaq. Mən indi məsələn, amma hizblərimizin heç birisinin məramnaməsini oxumamışam, illa Güney Azərbaycan İstiqlal Partisini. Çünki o fəqət mənə göndəribdi, ondan sonra ikisi mənə göndərməyibdi. Mən də axtarmamışam. Burası da var. Axı, mən gərək axtaram da, onlar məni axtarmayacaqlar ki, hizb sahibi gəlib məni axtarmıyor, o hizbi quranlar məni axtarmayacaqlar. Mən əgər bir yol axtarıram vətən üçün, mən axtaracağam. Deyəcəm, ya mən özüm yol tapım, ya da yol tapanların dalısıcan gedim. Mən məsələn, bu təvəhhümə mübtəlayım ki, mən özüm yol tapıram, yol qoyuram. Belə bir təvəhhümüm var. Amma biri də mümkündür, məndən ağıllı ola deyə ki, mən yol tapamıram, təhcanla da işləmək olmaz. Gedək biz bu hizbilərin biri ilə işləyək, görək nə deyirlər, nə demirlər. Gedək əsasnamələr, məramnamələrini oxuyaq, görək bunlar bizə nə düşünürlər. Deyirlər, biz Azərbaycanda neyniyəcəyik? Türk millətində neyniyəcəyik? İndi neynəməlidir? Axı, hizb indiyə bir iş görə bilməsi, dostlar. Hizbi ki, opozisyondur, vətəndən də xaricdədir, indi heç iş görə bilməz. Onun işi nədir? Hizbilərin işi budur. O mərhələdə fəqət insanları ayıldaq, gəlsinlər, bilsinlər, haqları var, hüquqları var, dilləri ayrı, dinləri ayrı, məzhəbləri, vətənləri ayrı, dövlətləri ayrı, hakimiyyətləri ayrı, müstəmir olublar, işğal olublar, bunları öyrəşsinlər. Ondan sonra da bir zamanda savaşa keçəndə hizbi deyir ki, mənim məsələn 1000 dana adamım var, 5000 dana adamım var, 50.000 dana adamım var, silah götürür. Məsələn, mücahidlər İran inqilabından sonra, 57-dən sonra sürət ilə ruznamə çıxartdılar filan, bəhman, milləti çəkdilər, cavanları çəkdilər özlərinə, lazım olanda dedilər, silah götürürük, silah götürdülər. Getdilər, padğanları boşaltdılar, silahlar getdilər, gizlədilər, sonra da Cumhur İslami ilə savaşanda silah götürdülər, sonra da zorları çatmadı, Əraq bunları qətlam eləyində, getdilər Əraqa, dedilər ki, biz savaş üçün köçməliyik, köçdülər Əraqa.
Niyə Əraqa köçdülər? Həm mərzidə idilər, yaxın idilər, eləyə bilərdilər, İranla savaşsınlar, həm də Əraq İranla savaşırdı, silah verirdi bunlara, yemək verirdi, içmək verirdi, paltar verirdi, filan verirdi. Getdilər ora. İndi İranın gözü ilə baxanda deyirik ki, o mücahidin xalq. Mən də deyirəm bunu. Amma bu tərəfdən də baxaq. Ki, onlar Cumhur İslami ilə mübarizə edirlər. Əyri doğru mübarizə edirlər. Silahlı savaşırlar, canlarını qoyurlar ortaya. Amma biz kimin gözü ilə qəzavət edirik mücahidləri? İranın, Fars hakimiyyətinin, mollalar hakimiyyətinin zehniyyəti ilə onları qəzavət edirik, məhkum edirik. Mən özümü deyirəm. Mən mücahidlərə əgər məhkum eləmişəm indiyəcən, görürəm ki, mən bu məlumatı hardan almışam ki? Özdə mücahid demirik ki, onlar da deyilənə mənə, münafiq. Yəni mənim o kültürlə danışıram ki, beynimi yuyublar, mən İran Farsı mənim zehnimə bir fikir doldurub, mən də ondan danışıram. İran Farsı deyir ki, Azərbaycan, yəni burada yenə İran Farsının bizim içimizdə olan casuslar bunları bizə deyirlər. Azərbaycan hizbiləri xiyanət eləməkdən sonra bir iş görməyiblər ki. Nə iş görürlər? Nə iş görürlər? Heç kəs demir ki, hizbin işi nədir, nə görər, nə iş görər? Heç kəs demir ki, gedək görək hizbilər, əvəzin ki, o sualı soruşaq, deyək ki, hizbilər xiyanət ediblər, gedək görək ki, hizbilər neyniyə bilərlər, neynirlər, əsən nə istəyirlər? Hizbilər istərlər bir şeyi. Yəni deyərlər ki, biz istəyirik Azərbaycan müstəqil olsun. Biz istəyirik müstəqil Azərbaycan federal idarə olsun. Biz istəyirik müstəqil Azərbaycanda, məsələn, Türkiyə ilə, Azərbaycanla, Türk dünyası ilə birləşək. Biz istəyirik fəqət Azərbaycanla birləşək, vahid Azərbaycan. Biz istəyirik Azərbaycan, vahid Azərbaycan məsələn federal olsun. Məsələn deyirəm. Məsələn, biz istəyirik biri də dilimiz məsələn Latin əlifbası ilə olsun. Biri deyir biz istəyirik dilimiz məsələn Kiril əlifbası ilə olsun. Biri deyir ki biz istəyirik dilimiz Ərəb əlifbası ilə olsun. Biri deyir ki bizim məsələn bilmirəm ha deyirlər. Bunları özümdən deyirəm. Məsələn biz İranla istiqlaldan sonra İranla eləyə bilirik konfederallıq. Məsələn sən baxırsan bu hizblərdən birini seçirsən. Məsələn, mən bilmədiyim üçün, çünki məramnamələrini görmədiyim üçün deyə bilmirəm kim nə istəyir. Amma dostlar, birinci budur ki, biz hizbləri tanıyacağıq. Baxın, indi gəlirlə bu işi görək da. İndi beyin fırtınası edirik. Otaqdan danışırdıq. Otaqdan dostumuz belə bir söz çıxartdı. Bunu danışaq sabahlarda bu hizblərə görə danışaq. Bəs. Əgər ömür olsa və sabahları müşkül gəlməsi qabağa, gələ bilsəm, partilərə görə danışıq, Azərbaycan partilərinə görə. Burada bir gün gedərək web saytlarına, axtarırıq, web saytlarını taparıq, görürük məramnamələri var da yox. Yəni, bir yerdən işi başlayaq da, elə bilək ki, indi biz bir dana fikir otağı düzətmişik. Mənəm, bir də burada gələn dostlarımız, qardaşlar, bacılarımızdır. Gələk bu fikir otağında görək ki, bizim neçə hizbimiz var. Əslin calibdir, bu işi görək. Olmasa, mən yavaş bir tərəfə gedim. Yəni, burada özüm beynimdə beyin fırtınası yaratmağa çalışdım. Məsələn, ola bilər ki, mən burada bir bərnamə qoyum, elə bu bərnamə. Adını da qoyaq fikir otağı. Bunun da adını qoyaq fikir otağı. Ya fırtına, beyin fırtına. Beyin fırtınası. Calib gəlir mənə. Beyin fırtınası qoyaq, qoyun yazım mən bunu. Adım qoyaq beyin fırtınası. Mən özümə bir məsuliyyət götürüm da. Yəni, istəyirik ki, deyək, hizbi şeydir. Eydad, bidad. Elə bir ki, mən dəyişdirdim, yox, dəyişdirməmişim. Tamam. Mən burada yazdım. Beyin fırtınası. Tamam. Beyin fırtınasını yazdım, bura ki, yadımdan çıxmasın, gözəl adı olacaq. Beyin fırtınasında neyniyək? Olmasa, mən bu işi görürüm. Partilərin, liderlərin çağıraq bura.
Güney Azərbaycan və Türk Qəşqailərin də, Türkmenlərin də liderlərin bir çağıraq bura. Deyək gəl bura. Bizə de görək sən nə istəyirsən? Sizin məramnaməz var ya yox? Hardadır? Verin biz baxaq oxuyaq. Özlərindən də istəyək bir xülasə bizə desinlər ki, hizb nə edir? Onların hizbi nə iş görür? Nə eləməli? Hizb əslən yanı nə mənə? Parti yanı nə mənə? Əgər dostlar müvafiqsiniz, aşağıda yazın ki, müvafiqsiniz belə bir fikrə. Biz beyin fırtınasından lağəl bugün belə bir şey çıxadıq ortaya. Getirək Güney Azərbaycan və Türk dünyasının, mediasının, üzrə partilərin yavaş-yavaş dəvət edək burada tanışdıraq. Biz tanışaq. Məsələn, gözəl bir şey olar. Dostlar, əgər hər kəs də hazır olsa, mən bunun da üstündə işlərəm, hər kəs də hazır olsa, gələk, deyək ki, hərə bir məmləkətin istiqlalı haqqında yazılan kitab oxusun. Sonra gəlsin onu bu proqramda, məsələn, 2 cələsədə, 1 cələsədə, 2 cələsədə, 3 cələsədə xülasə olaraq bizə desin ki, bu millət hansı yolları gediblər? Səhvi gediblər, yanlış gediblər, xətaları olubdur, şikəst yiyiblər, xəzinə çox veriblər. Amma bu, məsələn, istiqlala gedən yolda, bu yolla gediblər, istiqlal alırlar. Gözəl bir, sağ olun, müvafiqən, var olası vətən dostum, fədai, bəli, sizdən sonra hələ feylən yazan görmürəm. Aha, Sahabəli də yazdı, sağ olun Sahabəli, təşəkkür edirəm. Müvafiqəm. Çox gözəl. Bəs dostlardan əgər qalanlarda olsa, yəni bu işi görək. Bizim bayaqlar dedim, savadı olmağa bağlı deyil. Bu içində dostumuz mənə o sözü yazdı və bu iç mənim zehnimə gəldi ki, o sözdən, yəni vətən dostumuzdan yazdığında mənim də zehnimə gəldi. Biraz danışdım, dedim ki, bu işi görək, məsələn, partilərin liderlərini çağıraq, deyək ki, siz nə deyirsiniz? Hə, tamam, göndərin, gəlsin, çağırıram, danışarsınız. Vətən dostumuz istəyirlər gəlsinlər üstə. Tamam, hər zaman gəlsəz, sevinərəm, təşrif gətirin, danışaq və gedək qabağa. Amma dostlar, bizim bir tane şeyimiz var, problemimiz var. Bizim bir tane problemimiz var. Problem budur ki, biz bilmirik ki, partilər bir iş görürlər, görmürlər. Yazıq ki, bəli, əslində təşkilatının şəffafsazi gərək ola. Tamam, bu da gözəl söz, vətən dostumuz yine bunu yazdı. Baxın dostlar, bizim zehnimiz İranda tüm şeyin altında qalmışıq, işğalın altında, baskının altında qalmışıq. Bizim zehnimiz etiraz zehnidir. Biz əslində istirik Farslara, İrana etiraz edək da. Üsyan edək. O üsyanı Farsa yox. O üsyanı İrana yox. O üsyanı polisə yox, ittilata yox, bəsicə yox, paslara yox, molliyə yox. Onu özümüzə edirik. Eyni olacaq. Hizblər nə iş görüblər? Xiyanətdən sonra bir şey. Belə bir şey yoxdur. Biz İran ədəbiyyatı ilə bir-birimizlə danışmamalıyıq. Biz bir-birimizə yetişəndə hörmətli ədəbiyyatını danışmalıyıq. Təşəkkür ədəbiyyatı ilə. Zəhmət çəkiblər ha. Bir daha təşkilat, biz burada adam tutamırıq, adam çalışır ki, təşkilat düzəlsin. Adam çalışır 4 nəfəri bir yerə yıxsın. Baxın, bu özü böyük bir işdir. Biz 4 nəfər, belə burada heç kəs öz adı ilə gəlmir. Bu otağa heç kəs öz adı ilə gəlmir. Biz bunları nəqd edirik. Niyə axı? 4 nəfər adam bura gəlmir.
o hizbi niyə nəqd edir? O çalışır 4 nəfəri yığa bir yer təşkilatlandıra, beyin fırtınası yarada, onlara məlumat verə, onları vətən üçün, millət üçün hazırlaya, onları gedib düşməni öldürmək üçün hazırlaya, onlardan general düzəldə, onlardan ustandar düzəldə, onlardan fərmandar düzəldə, onlardan bəxşdar düzəldə, onlardan nümayəndə düzəldə, onlardan dövlət kabinə üzvləri düzəldə, vəzirləri düzəldə, onlardan ordunun, ittilaatın başı, bədənəsi düzəldə. Biz bunları niyə bilmiyoruz? Yəni mən ciddi halətdə bu İran ədəbiyyatı ilə niyə biz danışırıq? Niyə etirazımızı İrana yox, farslara yox, bir-birimizə edirik? Niyə bir-birimizi küçüldürük, məhkum edirik? Deyəndə ki, filancas deyirlər və çox birisi biz də, o da işləsin, bu da işləsin, hamı işləsin. Hamı gəlsin, işləsin Azərbaycan üçün. Mən dünən dedim, Azərbaycanın bir gözəl ittifaqçı var Azərbaycanın dostlar. O da budur ki, 2000-əcən bizim filosofumuz olacaq gələn 10 ildə, 10-15 ildə. Və bu tarixi değiştirəcək, insanlıq tarixində düşüncələri değiştirəcək. Bizim onlar təşkilatımız var ki, indidən bir-birinin riqabət edirlər. Riqabət dostlar, buna görədir ki, məsələn, taza bir fikir gətirir ortaya. Taza bir yol gətirir ortaya. Deyir, məsələn, mən bu işi bu cür eləyəcəm, sən ayrı cür eləyirsən, mən qəbul eləmirəm. Ayrılır, gedir özünə bir hizbi qurur. Bəs dostlar, baxın, bugünkü otaq fikri danışdığımızda bir dənə fikir çıxdı ortaya. Yəni, neçə fikir çıxdı? İstiqlal haqqında təhqiqat eləmək olar. Nümayəndə kimdir? O haqda təhqiqat eləmək olar. Hizblər nə iş görüblər, nə istirlər? Bu haqda təhqiqat eləmək olar. Məsələn, mən özüm məsuliyyətimi buna alıram öhdəmə ki, eləyə bilirəm bunların hər gün birini gətirəm bura, hangisi gəlsə. Və burada tutaq sorğuya. Mən rəhm eləmirəm. Mən Döhdür Sehriqanini o zaman ki, istəyəcəksin məclisə İranda kandid olsun. Çağırdım, gəldi. Mən bir Əhrar adında bir həftəlik var idi, onun sərdəbiri idim. Çağırdım, gəldi ora. 2 dənə yanında şey var idi, qoruması. Dedim ki, bunları əvvəl sal eşiyə. Mən burada səni vurmayacağım, sən də məni vurmayacaqsın. Bəs qorumalar geçsin eşiyə. Ondan sonra dedim ki, mən sizi Döhdür tanımıram, siz də məni. Biz ikimiz də bir səviyyədə, sizin adınız Mahmud Əli Sehriqani, mənim adım İnsaf Əli Hidayət. 2 dənə adam otururuq, danışaq. Biz bu cürsü, yəni mən orada, məsələn, heç kəsə hamıya hörmət, hamı sayğılı, hörmətli insanlar. Başımız üstə yerləri var, zəhmət çəkirlər. Amma bu programa gələndə biz burada da adamların ləğəbi ilə oynamayacaq. Döhdür, filan, bəhmi, yox, bunlar yox. Sənin adın nədir? Mənim adım Həsən Hüseynzadə, Həsən Qasım. Kompüter. Mənim adım kompüterdir. Xoş gördük kompüter, xoş gəlmişsiniz. Bizim burada sözümüz budur. Sizin bir partiniz var. Var. Adı nədir? Adı Monitordur. Monitorun nə? Bir amacı var. Amacları nədir? Amacı var. Var. Nədir? Sadıla. Biz hardan bilək sənin amacın budur? Dəyişdirməyəcəksən. Yazılı bir şeyin var? Var. Lütfən onun linkin ya görsədin bizə kağızın görək adı nədir? Nə yazmışsınız? Manifestiz var, məramnaməz var, yol xəritəsi, bunların hamısı birdir. Yol xəritəsi var, düşüncəzin mətni var. Biri deyər, hə, mənim varımdır, tamam, getiririk nədir? Biri yoxdur, deyər, sən necə bir partisən ki, sənin məramnamən yoxdur. Da burada dostlar mənə deyə bilməz ki, sən niyə bunu deyirsən, ya bunu niyə demədin? Tamam, dostumuz bir şey yazmadı. İstəyirəm görəcəm. Sayın Hidayət bəyim. Ay. Mənim bu vurdumda getdə şaya dağıtdım. Yuxarıya gətirsən.
biraz yaxşı olar. Gərək request verəsiniz. Əgər iştibah eləməsəm. Bir dəqiqə mən görüm bu request əgər vermiş olsanız burada bir var. Görüm o bir nədir? Tamam, gördüm, tamam. Vurdum dostum, bağışla beləsi olmayacaq. Siz gərək istəyəsiniz. Mən sizə gərək zəhv vurmayam ki. Siz gərək request verəsiniz. Mən də requesti qəbul edəyəm. Onun üzründə təşkil keçəsiniz və danışaq burada bərabər. Yəni bəlkə bilmirəm, bunun ayrı bir yolu da ola bilər ki, görək orada bir imtahan edək. Görək ki, o cür bir şey ola bilir ya yox. Go live with vətən. Okay, görürüm bugün gəlmək olar. Mən bunları bilmədiyim üçün görək ki, sizi gətirə bilirəm ya yox. Yəni təcrübə edirəm. Mənim birinci dəfəmdir, amma öyrəşirəm. Yəni öyrəşin və birdən bu liderlərimizi gətirsək, elə bu yolla gətirərik da, yəni beləsi öyrəşək bunu. Amma zahirən gələ bilmədik, çünki mən buradan da çağırdım, olmadı. Vermişim request. Mən iki cürə istədim, bunu bildiyim yollarla getdim, sizə request gəlmir mənə. Request gəlmir, çox da çalışıram, yəni. Bir də var, mən sizin də əlan, buradan adınızın üstünə vuranda go live deyir, yəni mən sizi eləyə bilirəm, çağıram, gətirəm, bura. Və burada da deyir ki, go live with vətən, yaxşı, vətənlə gedək. Mən indi sizə buradan çağırdım, amma siz indi orada ala bilirsiniz, alanmırsınız, gəlir, gəlmir, bu ikinci dəfədir. Bir dəfə də zəng vurdu mən sizə, onu da görürdüm. Hər qədər. Salamlayıram bütün Azərbaycan xalqını. Hər vaxtınız xeyirli olsun. Əziz öyrəncimiz və öyrətmənimiz Sayın İnsafəli Hidayət bəy, təşkilat önərindən çox gözəl danışdınız. Sevgilərimiz sonsuz. Baxın, təşkilatlarımız əsasən neçə ildir bir durumda durublar. Gözəl buyurdunuz. Yəni təşkilatlarımız diqqət eləsəz bir-biri ilə düz demirlər. Biz birincisində etirazata, raksiyaya, çağırışa, bağırışa, hay-havara düşdüyümüzə bunlar birləşdirək. Gələk görək bunların sözləri, son sözləri nədir? Sonradan gələk bir dənə bəyaniyə ataq ortaya ki, millətimizi çağırıq raksiyaya. Misal, geçən il Şəhrivərin 5-də güclü bir çağırış oldu Urmu gölünə xatir. Tanınmış təşkilatlar bunun üzərində dayandılar və bunu qəbul eləmədilər. Dedilər, bu çağırış, bu fəraxan yanlışdır. Burada çıxsaz eşiyə kütlərin çağırışıdır. Oradan getdi, tamamilə millətin əli soydu. İkincisi də, indi milli hərəkatın içində və içərisində olan liderlərimiz və tanınmış milli fəallar ki, hər kəs 10 nəfər yığıb öz evində toplanır və orada danışıq eləyir, ayrılıq düşüb bunun içində. Bilirsən, hər kəsin indi nəzəriyyəsi ayrı cürədir. Yəni, ayrı baxışdan baxırlar təşkilata. Bilirsiniz, siz indi deyirsiniz, məsələn, gəlin bu təşkilatları tanıyağın, kimdir, kimdədir. 20 ildir millət bunları tanıyır. Bəli, heç bir çıraq yolu biz görməmişik. Biz də yanaqlıyıq, gözəl təşkilatımız olan millətimizin, xalqımızın, gələcəyimizin və bağımsızlığımız üçün millətimizə can yandıra. Bəli, yoxdur, hansı təşkilatı dindirirsən, tökülün xiyabana, çağırış, bağırış, hay, havar, dağıdır. Qardaş, bunun iş yola getməli deyil, əziz insan. Biz istəyirik təşkilatlarımız yazsın, burada şəffafsazı eləsin, bir təşkilat olsun, millət ona inancısı olsun və o təşkilatın üzərində millət onun yönətimi ilə, onun planı ilə, onun konusu ilə qabağa yürüsün. Hal-hazırdakı tanıyan təşkilatlarımızdan bir dənə, yəni birisi var ki, haysiyətsiz çalışır və doğru düzgün qabağa gedir və millət və Güney Azərbaycan xalqı onun təmsilini bilir və onun üzərindədir. Mahmud Əli Kehriqani bəyinkidir. Hala işim yox, sizin onunla keçmiş zamanlarda probleminiz var, yazadınız var, öz aranızda. Siz də bizə hörmətlisiniz, Sayın Mahmud Əli Kehriqani bəydir. Yaxşı, və indi də baxırıq, yəni millət inancısını əldən veribdir. Yəni biz istəyirik həqiqi bir təşkilat üzə çıxa və milləti gələ, çağıra doğru düzgün Güney Azərbaycanın yoluna. Budur mən üçün. Ya bütün millət üçün. Bəli, baxırıq ki, aman təşkilatların heç birisi
Yəni doğru düzgün hərəkətə çağırmırlar. Təşkilatların özü rahatlıqla otururlar Monixdə, oturuşda, Almanda, Amerikada bəyannaməyə verirlər, xiyabanda çıxırlar, Güney Azərbaycan bayrağını da keçdirirlər. Bəli, biz Güneydə milliyyətçi sinəsini sipər edir xiyabanda güllə qabağına. Milliyyətçiyə bu zor gəlir. Milliyyətçi özü ailəsi təhlükə yaranır. Milliyyətçi eləyə bilmir. Yəni xiyabanlarda reaksiya keçirir, etirazat keçirir. Nəzərinizdə rahatlıqla gəlir və amma içəridə Güney Azərbaycanda baskı altındayıq. Əgər baskı altında olmasaydı biz də şəkilli sizdən burada rahatca konulaşardıq, danışa bilərdik. Amma bizləri də və bütün milliyyətçiləri də gələ bir dərkə sayıla və bunların və bütün milliyyətçilərin də intizarı budur. Baxışları sizlərdən budur ki, və özünüz də gözəl işarə elədiniz bu plana, bu bərnaməyə. Yəni milliyyətçilər təhbətək gəlsinlər buraya, təşkilatların bütünü gəlsin buraya, siz onları çağırın, danışsınlar, görək bunlar dərdi nədir? Haçan biz doğru düzgün yola göstərəcəklər? Budur, məncə bu qədər. Sağ ol, teşekkür ederim dostum. Əgər çıxabilirsiniz yaptılar, çıxın, mən çalışaram ki, sizə mən də fikirlərimi bildirim sizin fərmayişlərinizin əsasında. Siz istərsiniz çıxın, mən nə deyirlər? Bunu bu haqda danışım. Ərz edeyim. Bir də imkanı da olsa Güney Azərbaycanın içində olan milli fəalları Moriddə danışasınız ki, indi Ərdəbil ayrılıbdır Təbrizdən, özünə ayrı bir hezbidir. Yaxşı, Ərdəbilin özündə bizim milliyyətçilərimizin arasında təfrəqə düşübdür. Hamı da yaxşı tər bilir, ad gətirmək olmur. Bir 100 nəfər yığır evində toplanır, bu olubdur. Şəkil salırlar filan kəsdən Instagramda, sayfalarında follower yığırlar. Yarısı Təbrizdədir özünə, yarısı özünə və bizim xalqı çəkiblər yarısını traktor oyununa, yarısını çəkiblər şəkil salmaq oyununa, yarısını çəkiblər Ərdəbil tərəfinə. Yəni baxsaz, özəlliklə yarısını çəkirlər sandıq başına. Əslən bir istiqlaliyyətçi olaraq biz bağımsızlıq istəyirik. Biz gələ heç vaxt sandıq başına getmiyor. Biz təhcə bir sandıq başına gedərik Güney Azərbaycan bağımsızlığına ki, bizi dünya xalq, beynəlmələr bizi tanıyor, onda gedərik sandıq başına. Gətirlər bir plan qoydular ha, filan Kürt çıxdı, filan Türk qaldı, hamını bu səhiylə çəkdilər oraya. Milliyyətçi var, böyün deyir ha, mən razıyam İrana həmlə eləyərlər, İrana hücum eləyərlər, səhərsi baxsan, paylaşır, İran vurdu İsraili, hay-ha var. İçəridə yəni olan milliyyətçilər də şaşıblar, bilmirlər, nə iş görərlər. Sözün açığını deyirəm, bax, yəni hər kəsdən narahat olsa, yəni üzürlü saysa məni, sözün açığını deyirəm. Yəni burada olan milli fəallar, içəridə olan milli fəallar, hamısı şaşıb, bilmir nə iş görər. Yəni sözün açığı budur. Bunlar da gəlir hamısı bu təşkilatın üstünə. Təşkilatlarımız birincisindən doğru düzgün yürüsəydi qabağa, yaxşı doğru düzgün planları olsaydı, doğru düzgün şəffafiyyəti olsaydı, millətlə ayna bərabər danışsaydı, millət indi bu yaman günə qalmaz idi. Elə hər kəs oturur deyə, qardaş, Güney Azərbaycanın bağımsızlığı, qardaş, bağımsızlıq 1 kilo badımcan deyək ki, pomodor deyək ki, bunu dükanına alıb gətirsən ki, bu bağımsızlıq. Buna xəzinə istəyir, buna qan istəyir, zindan istəyir, ailəsi istəyir. Böyük bizim şəhidlərimiz bu yolda gedib, şəhid mühəndis Qulam Rza Mani bəy olsun ya, böyük bizim milliyyətçilərimiz bu yolda gediblər. Hansı təşkilat bu gün deyibdir? Hansı təşkilat bu gün deyib, bu doğru düzgün yolda siz gedin qabağa. Bizi yaman günə qoyan içəridə olan bu təşkilatlar da və bir də indi həman təşkilatın əməllərini içəridə olan milli fəallar eləyirlər. Lidersazı eləyiblər, hər kəs özünə, bir ara hər kəs özünə bir bayraq götürür, gedir, Urmuc yolunun qabağına bağırır, oradan follower yığır. Bir ara buradan 5 nəfər o yığıb Ərdəbildə başına kek təvəllüd pişiribdi, portaqal qop qabağına, bir saz alıb əlinə özünə Azərbaycanın marşını oxuyur. Bu yan tərəfdən 70 nəfər əlinə bir traktor bayrağı alıb, qardaş, traktor deyirsiniz, yaxşı, indi bu licdədir deyirik, nə topdur, nə qoldur, traktor milli yoldur. Bu səhər getsin, Allah şahidi dəstək doya, suqut eləsin aşağıya, heç bir nəfər sən də stadyumda tapamayasın. Nə milli yol vardı, onda nə milli top vardı. Gətiriblər milli hərəkatı, bir gün gətiriblər topa, bir gün gətiriblər sandıq başına, bir gün gətiriblər filankəsin evində Ərdəbildə portaqal yeməyə, deyəndə də oruq satqın. Ürək sözümüzü açanda milli hərəkətə və xalqa oluruq satqın, deyirlər tohin edir. Vallahi bunlar həqiqətdirlər. Üzürlü sayın mən biraz bağırdım, ucadan danışdım və bütün Azərbaycan xalqına təşəkkür edirəm ki, bizi buraya təhammül elədilər. Hər vaxtınız xeyirli olsun, o gün olsun, Azərbaycanın gələcəyi olsun və bizim xalqımız anlaşıq üzərində öz kültürünə, bağımsızlığına və kimliyinə qayıtsın. Yaşayasınız.
Hər Sağ olun. vaxtınız xeyirli olsun. Sağ olun. Uğurlu olasınız. Təşəkkür Yaşasın ederim. bütün Azərbaycanın qeyrətli xalqı və şərəfli milliyyətçi fəalları. Var Sağ olun. olasınız, yaşayasınız. Sağ Allah olun. amanında. Sağ Məncə bu olun. qədər. Yaşasın. Sağ olun. Sağ olun. Siz özünüz çıxsaz çox xahiş edirəm, özünüz çıxın da mən burada eləyə bilmirəm sizə şey deyim. Arz edeyim ki, baxın dostlar, bizim bugünkü bəhsimiz fırtına idi, otaq fikir otağı idi. Amma bu fikir otağında da dostumuz qəşəng gəldi bir söz danışdı. Dərd, dərd. Dərddən nalə eləmək çox rahatdır. Davad da eləmək, əlac eləmək çətindir. İşləməmək çox rahatdır, işləmək çox çətindir. Partilər illər əvvələn baxın dostlar, niyə bizim 20-dən çox təşkilatımız var, siyasi təşkilatımız var. Buna görə ki 20-dən çox düşüncə var. 20-dən çox proqram var. 20-dən çox lider olan var. Və bu yaxşıdır, pis deyil. Yəni bizim bir hizbimiz olsa biz şikəst yeriq. Çünki yəni bu məmləkətdə, bu millətdə bir dana düşüncə var, bir dana fikir var. Və bu fikir bizi sınsa, sınarıq. Amma bizim 20 dana fikrimiz olsa, 20 dana da özünü lider bilən olsa və o təşkilat hərəkət edəsə, biri də sınsa 19'u var, ikisi sınsa 18'i var, 5'i sınsa 15'i var, 16'sı var, 10'u sınsa 11'i var, 20'si sınsa 1'i var. Diqqət buyurursunuz. Bu təşkilatlarda vaqei tənəvvü, mən demirəm nə qədər vaqeidir, nə qədər vaqeidir, çünki tanımıram. Bu bizim inkişafımızın sözüdür. İnkişafımıza görə. Heç vaxt intizarınız olmasın ki, bu cürbəcür partilər birləşə bilərlər. Çünki yəni bu iki nəzərlərini qoyarlar qırağa da, 20 dana nəzər qoyar qırağa, gələ deyəm, mən 21-ciyə yapışıram. Hər yerdə sanki olur olsun. Yəni 20 dana fikir qoyaq buxçuya, bağlayaq alsın, qoyaq sandıqxanaya, biri ilə gedək. Əgər o sınsa biz nə etməliyik? Bir bu. Bu iki ittihad ola, ittihad olmaz. Amma işbirlik ittihadla fərqlidir. Məsələn, istiqlalçılar hamısı eləyə bilirlər, deyər ki, filan gün biz yetişirik. Onda ki, bilirsiniz, bəzən də bizim partilərimiz bəyaniyə vermirlər. İçəridən bəyaniyə verirlər. Deyirlər, eşikdən də eşikdə bu 20 dana hizbin gərək vəsdə ola, oturarlar, bir-birlərindən danışarlar. Buna bir 2 həftə vaxt istəyir ki, bunlar yığışarlar, bir yerdə danışarlar, deyirlər ki, biz bu hədəflə, amacından çıxacaq filan yerə. Yoxsa bu günlər deyirlər, sabah çıxın eşiyə, 5 gündən sonra çıxın eşiyə, hizblər hələ bunu bilincə, əllərinə gəlib yetişincə, filan bəhman iş qutardı getdi. Heç kəs bilmir nə hədəfə çıxır, kim çıxır, kimin oyununa çıxırlar. Yəni bunu parti eləmir ki bəzən. Məsələn, mən buradan eşitmişəm, sən bir dana partilər, məsələn, Azərbaycan siyasi partiləri, cibhəsi var. Bir dana da İran istiqlal partilərinin cibhəsi var. Məsələn, mən eşitməmişəm, bir dana cibhə deyək ki, biz cibhə adına milləti çağırırıq eşiyə. Bir də hər hizbi çağırsa, mümkün də olursa hizbilər gəlməyələr. O hizbin adamları gedir ora. Fərqi hizbilərin budur. Bir dana bərnaməyə mümkündür fərq bu hizbi çağır. Qərar deyil, hamı hizbilər çağırsın. Bir dana hizbi deyir ki, bu günlərcədə vurmuş ölünə. 19 dana deyir ki, biz getmirik. Bu dəlillə getmirik. O dəlillə getmirik. Əslən getmirik. Biz istəmirik bu cavab. Biz keçən həftə demişik, millətimizi, tərəfdarlarımızı yormuruq. Mütəvəccüh olursunuz, nə ərz edirəm? Bu hizblərin, hər hizbin özünün bir siyasəti var, bir proqramı var, bir yolu var, bir xəritəsi var, bir məramnaməsi var. Bir siyasətləri detaylı var. O, hər hizb öz yolu ilə gedir. Mümkündür, bu hizb buradan gedir, mən buradan gedirəm, o da oradan gedir. Əslən, yollarımız birinin kəsişmir. Ola bilər ki, əməkdaşlıq edirlər. Bir-birlərinə farsça həmkarlıq deyirlər. Əməkdaşlıq edirlər. Yəni deyərlər ki, tamam, bizim indidən bir ay vaxtımız vardı, gəlin çağıraq, biz bir dana bəyaniyə verək hamımızın adına.
Bunu da görmüşük. Məsələn, mən bəzilərini görmüşəm, filan şeydə 3'ü, 4'ü, 5'i yığışıblar, bir dənə bir bəyaniyə verib, amma qalanları vermir. Çünki o 4'ü eləyə biliblər, əməkdaşlıq eləyərlər. Sizin intizarınız olmasın, hizblərin hamısı bir cür hərəkət eləsin. Onda bir hizb olmasın, hamısı onlar bir. Niyə ayrılıblar, niyə ayrı hizb qruplar olur? Gəlsinlər bir iş. Əlbəttə, mən şəxsən, İnsafəli Hidayət olaraq, mənim şəxsən istəyim budur ki, İstiqlal partilərinin hamısı birləşsin. Amma fraksiyon olsunlar. Məsələn, cibhə kimi də, elə adı cibhəyə Azərbaycan İstiqlal cibhəsi, hətta o bir dənə hizbidir, yenə cibhə deyil. Çünki cibhə dedikləri budur. Məsələn, bir dənə 19'unun 21 dənə, 21 də gəlir, bura deyir, biz hizbilimizdə qalacağıq, bir-birimizdən ayrıyıq, amma iştirak eləyəcəyik. Bir dənə iş görəndə hamımız bərabər onda, məsələn, mən də olacağım. Baxarım, mənim də siyasətimin cürcəsi, mən də qatışaram. Ya məsələn, deyir ki, bu 10 dənə məsələdə biz bərabər hərəkət edə bilirik. Məsələn, deyirəm, İstiqlal, Azərbaycan istiqlal alına qədər biz bir dənə cibhədə, hamımız bir dənə cibhədə gedə bilirik. Məsələn, rəhbərliklərdə 2 aydan 2 aya dəyişdi. Məsələn, bu adam ki, məsələn deyirəm, bu mənim indiki beyin fırtınası edirəm. Yəni, ələn biz bunu danışamırıq. Çünki fikir otağı istəyir ki, bunu oturub danışa yol tapaq. Nə cür biz bunları birləşdirə bilirik ki, əməkdaşlıq edəsinlər, birləşməsinlər. Ya istiqlalacan birləşsinlər, istiqlaldan sonra əməkdaşlıq elələri eləməzlər. Mümkün bəzi hizblər istiqlaldan sonra fəqət deyə mən Ərdəbildə işləyəcəm, o da deyə fəqət mən Təbrizdə işləyəcəm, o da deyə mən Urmiyədə işləyəcəm, o da deyə mən Batı Azərbaycanda, o deyə mən Şərqi Azərbaycanda, o deyə Ərdəbildə, o deyə yox, mən əslin Tehrandan, Təbrizdən, Ərdəbildən, Zəncandan, Xalxaldan, hamısından, bu Həmədandan, Qəzvindən, bunların hamısında işləyəcəm. Biri də mümkün deyil, yox, mən filan, sən fərzən 2 dənə çıxılı şəhərdə işləyəcəm. Yəni, hizblər biz deyə bilmər o indi neyniyəcəklər, yəni mən bilmədiyim üçün deyirəm. Bilmirəm ki, siyasət. Məramnamələrim görməmişəm. Deyək ki, mən məsələn Azərbaycanı haracan Azərbaycan bilirəm. Haracan Azərbaycandır. Azərbaycanın sərhədləri haradır. Biz sabahları İsrail İranı vurdu. İranı məsələn indi bu günlər mən bir dənə video dostlar yaymışdılar. Mən də onu yaydım. Məsələn Şirvanşahı zahirən vurublar. Ya nədir olubdu? Şirvanşahın kollən o həvani Rus padğanı daşınır. 30 dənə helikopter gedib orada sistemi daşırlar. Tamam. Mümkündür sabahları vurdu. Neynəməliyik? Mənim nəzərimə fırtına, gərək buna beyin otaq lazımdır. Fikir otağı, düşüncə otağı, beyin fırtına otağı lazımdır ki, orada tökülər, biz nə cür bunları müttəhid edə bilirik? Nə cür birləşdirə bilirik? Heç olmasa istiqlala qədər bunlar biri olarlar. Fraksiyon olarlar, məclis kimi. Fraksiyon olarlar. Mənim özümün məsələn zehnimə gəlirdi ki, danışan bunların bəzilərinə deyəm, gəlin siz dövlət yaradın. Hərə bir vizarətxanada olsun. Hər hizbin başqanı bir vizarətxana hesab olsun. Və dəyişsin. Ya da ki, məsələn, cibhə düzəldin, rəhbər, muavin əvvəl, birinci muavin, ikinci muavin, üçüncü muavin bu cürsə eləyin. Ondan sonra, məsələn, Əlif hizbinin başqanı bu ay 2 ay başqandır, gedəcəkdir. B hizbinin başqanı olacaqdır. O 20 dananın başqanlığı qutarandan sonra 2 il çəkər, 2 il 4 ay çəkər. Ondan sonra bir də yenə Əlif hizbinin başqanı olacaqdır. Amma bu zamanda necə ki, Əlif hizbinin hamı sözünə baxdı, onun qərarlarına, imzasına baş əydilər. O axirdəki damıncına da Əlif də baxacaqdır. Bu, yenə dedim, bunlar fırtına otaq istəyir, otaq düşüncə otağı istəyir ki, o düşüncə otağında bunları beyin fırtınası yaradasan, yol tapasan, sonra da bunları gətirəsən orada belə bir sistemə salasın. Amma elə həman iş Ərdəbildə də bu tür düzəltəcək çox yaxşıdır. Mən bilmirəm, niyə şəhərbazlığına bəzilər müxalifət edirlər. Mən hətta gördüm ki, Sayın Abbas bəy Lisani də şəhərbazlığına müxalifət elədi. Dünyanın hər yerində siyasət şəhərlərdən başlar. Hər şəhər özünün varlığı üçün, kimliyi üçün o birisi şəhərlərdən riqabət edər. Bayaqları dedim, hizblərin işi riqabətdir.
elə indi də bunu danışırıq. Siyasətə girən hər adamın işi rəqabətdir. Ərdəbillə Təbriz gərək rəqabət edə ki, kim daha yaxşı söz deyə bilir, kim daha yaxşı milləti küçüyə çəkə bilir, kim daha yaxşı istiqlala yol apara bilir, kim daha yaxşı savaşa təşkilatlara bilir. Bilirsiniz, biz gərək bunları pis bilməyək. İttifaqan mənim nəzərimə gərək deyək ki, Kələybər niyə oturubdu? Əhər niyə oturubdu? Miyana niyə oturubdu? Məsələn, filan yer niyə oturubdu? Qəzvin, Həmədə. Gərək bunların hamısı şəhərlərin, insanlar şəhərlərin qorumaq üçün, şəhərlərin mənafe üçün gərək çıxarlar siyasətə. Bu bir, İranda bir dana sistem yarattılar, bizim beynimizi yudular, bizə dedilər ki, İran inqilabından sonra bir dana fikir yarattılar. O da budur ki, biz millətə desək ki, sən şəhrin nümayəndəsisən, onda şəhərbazlıq olar, şəhərbazlıq olanda millətlər yavaş-yavaş istiqlal alır. Biz nə edəyək? Gələk deyək ki, hər kəs nümayəndə oldu bir şəhərdən, o şəhərin nümayəndəsi, o İranın nümayəndəsidir. Nə oldu? İrançılıq yayıldı. Əvəzin ki, şəhərçılıq, millətçılıq yarandan nə oldu? İrançılıq yayıldı. Biz bu fikirdən, İran yaratdığı fikirlərdən çıxmalıyıq qırağa. Bir, dostumuz bir şey yazdı. Mən onu istirdim danışam, amma canım, deyilən istiqlal çatmamışıq ki, hər kəsə iş, məsuliyyət edirsiniz, post məqam rəis mavin edirsiniz. Yox, bu olmalıdır dostum. Siz siyasəti baş tapmırsınız. Siz İran dili ilə, İran ədəbiyyatı ilə, Fars ədəbiyyatı ilə danışırsınız. Mən Fars ədəbiyyatı ilə danışmıram. Biz indidən hizblər əslən dünyada nəyə qururlar dostum? Bilirsiniz, bilmirsiniz. Bəllidir ki, siz hizbə görə hesab bilmirsiniz. Siz hizbə görə bildiğiniz İranı örgətdiğidir. Farsları örgətdiğidir. Nə olar sizdə ruh, milli ruh olmaq bir ayrı bir şeydir. Siyasəti bilmək bir ayrı bir şeydir. Siz milli ruhunuz ola bilər, vətən üçün ölümə hazır ola bilərsiniz, öldürməyə də hazır ola bilərsiniz. Amma siyasət bilmək ayrı bir şeydir. Hər hizbi dünyada, hər hizbi bundan ötürü qururlar ki, rəis cumhur ola, dövləti ala əlinə, vəzir ola, vəkil ola. Hər kəsi gedir bir hizbə, getmir ki, orada gedir ölə. Gedir ki, vəzir ola, vəkil ola, ustandar ola, rəis cumhur ola, nə bilim, ustandar ola, fərmandar ola, bəxşidar ola, idarə rəisi ola, filan ola. Bankı mərkəzinin rəisi ola, idarə ittilaatın rəisi ola, nə bilim, bunları idarə edir. Hizbə getməzlər nə gedərlər orada ölmək üçün. Bu geri qalmış dünyadakı biz indi orada yaşayırıq İran, oradadır ki, hizbilər özlərinə bu məsuliyyət görürlər ki, savaşsınlar. Mənim lütfən, vətən dostum, mən dünəmləri 4 saat bu haqda danışmışam. 4 saat, videosunu da qoymuşam. YouTube'da var. Lütfən gedin bax, gedin ona qulaq asın. Siyasət dünyada fərqli bir şeydir. Hizb gərək dövləti ələ keçirmək üçün. Vəzir olmaq üçün, vəkil olmaq üçün. Çünki mənim bir düşüncəm var, mən bu düşüncəni işə qoymaq istəyirəm. Bu dövlət ki, iş üstədir, bunun siyasətləri mən qəbul eləmirəm. Mən istəyirəm, əgər millət mənə səs versə, məni göndərsə məclisə, məni göndərsə dövlətə, mən bunu icra eləyəcəm. Hizb ondan ötürdür. Bəli, bunun üçün hər hizb ki çıxır. Əgər prezidentliğa, rəis cumhurluğa, vəzir amzuş pərvərişinə, vəzir iqtisadına, vəzir darayisinə, maliyyatına, nə bilim, xaricəsinə, ittilaatına, ordusuna fikirləşməyə və bunları adam indidən təyin eləməyə, o hizb deyil. Hizbin işi budur. Siz İran gözü ilə baxmayın. Necə ki bizim dövlətimiz yoxdur, məsələn biz nəyə indidən postu bölürük? İndidən postu bölməyək, nəyi bölək? Gecə yatdıq, səhər gördük İranı vurublar. Biz istirik gələk dövlət quraq. Kimlə dövlət quracaq? Dövlət göydən gətirməyəcək. Mənim indi gərək adamlarımı təlim verəm ki, sən vəzir iqtisad olacaqsan, sənin təxəssüsün iqtisad. Yəni, döşra iqtisadın var. Ya sən, məsələn, bir belə milyar dolar ildə alver edirsən dünya ilə. Sən iqtisad gəlişinə. Sən vəziri beynəlmiləl olacaqsan. Uluslararası vəzir olacaqsan. Sən İç işlər vəziri olacaqsan, sən ustandar olacaqsan, sən fərmandar olacaqsan, sən rəisi bank olacaqsan, sən rəisi filan şey olacaqsan.
İran gözü ilə baxmayın. Zehnimizi İran fikrindən silməliyik. Necə ki, bu elə haman da istəyir deyək ki, yəni sən niyə siyasət edir? Əsas siyasət yəni bu. Siyasət yəni bu ki, biz istiyoruz bu milləti idarə edirik. Əgər siz siyasəti bundan fərqli bilirsiniz, bilin ki, İran Fars gözü ilə baxırsınız. Çünki orada deyir ki, bunlar istəyirlər gəlirlər, prezident olarlar, post istəyirlər, təbii ki, istəyirlər. Əslən, hizb bundan ötürdür. Məgər siz orada dövlət qurub oturmamışsınız. Siz ustandar fərqindar olmamışsınız. Biz də istiyoruz ustandar fərqindar olaq. Biz də istiyoruz bu dövləti icra edək. Amma bizim düşüncəmiz var. Düşüncəmiz əsasında. Sizin düşüncəniz yoxdur. Urmuc göl əsas. Urmuc göldə bizim nəqşəmiz var. Sizin yoxuzdur. Sizin qurutmaz nəqşəz var. İqtisada Əfqanistan təvəccühünü getirib sifrə, İran təvəccühünü getirib 300%. Siz bunun gözü ilə baxırsınız bizə. Sən öz milləti ol. Mən bunu bayaq dedim. Siz öz millətinizi əvəzin ki, İranın üstünə qışqırasınız, Farsın üstünə qışqırasınız, öz hizbinizin üstünə qışqırasınız. Sən niyə üstün rəis üçün qurulursun? Niyə istəməyim? Mən İranda da qalsaydım rəis üçün qurulacaqdım. Ya istirdim rəis üçün qurulam. Mən istirdim, mən İnsafəli Hidayət istirdim rəis üçün qurulam. Hətta rəhbər olam. Nə irad var? Sən mənə bu icazəni vermədin. Bu tür deyirdi, mən səndən ayrılmaq istəyirəm, özüm gedim öz dövlətimi quram. Yəni biz dünyanın ən çətin işi dövlət qurmaqdır, dövlət idarə eləməkdir və dövləti quran istimar sistemi, gedin vətən dostum və o birisi dostlar, gedin lütfən dünənki videonu oxuyun, dünənki videoya baxın. Yəni o video məncə dostlarımıza böyük bir məlumat verəcəkdir. Mənim özümə bir təcrübə məlumat. Yəni özüm gördüm, mən belə də düşünə bilərəm. Biz İran dili ilə, İran ədəbiyyatı ilə, istimar ədəbiyyatı ilə bir-birimizdən danışmamalıyıq. Hizbilərimizdən danışmamalıyıq. Biri əgər Tehriqaniyə həmlə elirsə, İran ədəbiyyatı ilə həmlə edir. Mən mücahidləri misal vurdum, buna görə ki, biləsiniz, mən nə deyirəm? Yəni, ya belə ekstrem deyirlər də, ya belə ifrati bir misal vurdum. İran gözü ilə baxmayacaqsınız. Milli gözünə baxacaqsınız. Milli mənfəət gözü ilə baxacaqsınız. Milli mənfəət nədir? Mənim dövlətim olmalıdır. Mənim dövlətim kim quracaq? Kim quracaq bizim dövlətimizi? Dostlar cavab verin. Vətən bəy cavab ver. Dövləti kim quracaq? Mən quracaqam. Hizb quracaq. O hizb də hangi hizb olur o quracaq. Burada 21 dana adam var deyir ki, mən istəyirəm dövlət quram. Mən istəyirəm dövlət quram. Mən istəyirəm bu vətəni istiqlala getirəm. İstəyirəm dövlət quram. İstəyirəm idarə edəyəm. İstəyirəm bu vətəni bu iqtisada getirəm. Məsələn deyir ki, misal da vurur. Deyir ki, Azərbaycan Cumhuriyyəti 30 il bundan qabaq istiqlal tapanda insanlar çörək tapırdılar yiyələr. 30 ilin içində bir dana dövlət onu gətirdi, bura getirdi. İqtisadda İrandan çox-çox güclü. İqtisadda İranın 85 milyon adamı var, nəfti var, falanı var, bəhmanı var, hər şeyi var. Amma 1 manat 30 min dolar, 30 min tümən, 40 min tümən. 1 manat. Və içəridə insanlar təvəccühləri keçən 20 ildə, məsələn deyirəm, 20 ildə gedibdir, 10% gedib, %10 gedib yuxarıya, İranda keçən 20 ildə 3000 gedib yuxarıya. 3000. Siz burada nə cür düşünürsünüz siyasət? Kesin milli olmaq nə cürdür? Milli olmaq budur ki, İran ədəbiyyatı ilə danışaq, İran dili ilə, İran baxışı ilə, İran düşüncəsi ilə danışaq. O cür deyil dostum. Siyasət fərqlidir. Yol. Biz də fərqli baxmalıyıq. Təbii ki, hamı, yəni, sən istəsən rəhbər olasan, ya mən istəyəm rəhbər olam, ya Həsən istəyir rəhbər olam, rəis cümhur olam, gərək bərnamə yazam. Gərək düşüncəsini gətirək kağız üstünə. Deyək ki, mən, məsələn deyirik ki, xanımların haqqında nə düşünürəm? Bizim bir məsələmiz budur. Xanımlar məsələsi. Uşaqlar mədrəsəyə gələndə mən bu mədrəsə sistemini nə cür düşünürəm? Nə cür dərs oxuyacaqlar? İnsanlar mənizlədilər. Nə olacaq bunların başına? Dərs oxuyanı danışqaha getdi. Bunun pullu olacaq, pulsuz olacaqdı. Nə oxuyacaq, nə cür oxuyacaqdı, nələri oxuyacaqdı? Kim
dərs verəcəklər. Danışqahın hardan təmin eləyəcəyəm, müəllimlərin hardan təmin eləyəcəyəm. Bunlar məsələdir. Siz istəyirsiniz bir dənə 4 dənə adamı yığın bir yerə. Baxın, vətən dostu. 4 dənə adamı yığın bir yerə yoldaşlarınızı. Deyin ki, biz istiyoruz ki, öz zehnimizdə 4 nəfər. İstiyoruz ki, bir dənə dövlət. Ya öz məhəlləmizi, şəhrimizi qoruyaq. Bizə nə lazımdır? Görün ki, təşkilatlanmaq nədir? Mən niyə təşkilatlanmaqdan qaçmışam indiyəcən? Özüm də istirdim rəhbər olan məsələn. Niyə qaçmışam? Çünki bu 4 nəfəri yığmaq özü çətindir. Sonra onları saxlamaq çətindir. Sonra onları işlətmək çətindir. Çünki siyasi liderin işi budur da. Lider özü gedib qolunu çırmayıb yuxarıya işləməz ki. Heç görürsünüz indiyəcən məsələn prezident gələ külük vura, yer qaza. Yox. Torpağı ələrlər, tökərlər bir dənə qaba, ona da bir dənə qızıl külük verərlər, gələ bunu vur. Vurar orada yalandan, mən bunu əhdim. Bəzinə bir dənə da uşaq su səfəni ilə də gətirərlər, su verərlər, o ağaza su verər. Çünki prezidentin işi işləmək deyil ki, prezidentin işi adamları bir yerə toplayıb, onların güclərindən onlardan iş səhmaqdır, onların güclərini işə tutmaq. Və biz dövlət necə qururuq, dövlət istiyoruz. İstiqlalı nəyə istiyoruz? İstiqlalı kim apara bilər bizi istiqlala? Kim apara bilər bizi istiqlala? O adamın ki, nəqşəsi var əlində. Deyir, ağa, biz bu işi görəcək, bunu görəcək. Fürsətlər, hangi fürsətləri ola bilər bizim üçün? Bir var, özümüz yolda görək, bir fürsətlər ola. Fürsətlər neçə cürədir? Bir, farslar bir-birimiz anlamına düşər, məsələn, yaşıl hərəkatı kimi. Orada biz farslar üçün yıxılmağa hazırdır. Biz ortaya girsək, onlar yıxılarlar. Tamam, burada istifadə eləmədik ki, etdi. Ərəblər, bəluçlar oradan qalxsalar, biz də buradan qalxsaq, fars gücü eləyə bilməz, üç yerdə savaşsın, məcbudu yıxılar. İsrail İranı vursa, İsrail savaşsa, biz yıxılar. Əgər Azərbaycanın həmləsə Türkiyə gələr ortaya, İranı vurar, İranı vursa, biz burada bizə fürsət qazanar, ərəblərə fürsət qazanar, bəluçlara fürsət qazanar, istiqlala tərəf gedər. Siyasi adam gərək 100 dana faktor koysun. Mən bugün otağı fikri buna görə sizə dedim. Yoxsa mən də yox, rahatlıdır. Tehriqaniyə də həmlə eləyək, Həsənə də həmlə eləyək, Hüseynə də həmlə eləyək. Yoxdur, sən nə işlirsən? Həmlə eləyən qardaş, sən nə işlirsən? Sən nə edirsən? 2 nəfəri yığa bilmirsən buracın bir yerə. 2 nəfərə demirsən ki, məsələn, biz gedək, bundan bu yüzden hər həftə cuma günü çıxacaq, dağa gələcək. Görək ki, məsələn, gələn həftəyə görə bu neçə saat tezə gedər, neçə dəqiqə tez gelib çıxıb yenəcək aşağıya. Yəni gücümüz, yerimək gücümüz nə qədər şey oldu. Bizim telefonları kəssələr, necə bir-birimizlə deyəcək ki, şəhərə adam girdi. Məsələn, sabah telefonu kəsdi İran. Biz nə bilək ki, məsələn, Savcabulaqda Kürtlər girirlər, ya girmirlər, Urmiyəllər nə bilsinlər, Təbrizlər nə bilsinlər. Bir deyində adamlar çalışırlar gecə günüz, qaçır. Mən lazım olsa 24 saat qaçaram, oradan gəlirəm Təbrizdə deyərəm ki, eviz yıxılmasın, falan yerə adam girdilər, gəlin. Onlar da 24 saatda 4 günə, 5 günə, 10 günə bir ordu gələr, bir 10 nəfər, 50 nəfər, 100 nəfər silahlı adam Təbrizdən ya falan yerdən gələr, burada savaşar. Hazırlıq. Yoxsa evdə oturub, hər köynəkdə oturmaq rahatdır. Bir də bu var. Deyirsiniz ki, çıxıb gedib su istə, orada burada oturub da, Amerikada, Kanada oturub danışır. Oturmayıb danışır. Bunların hamısı zindandan çıxıblar. Bunlar hamısı canlıların dişlərini alıblar. Bunlar hamısı burada zəhmət çəkirlər, işləyirlər. Orada qalsaydı, zindicanlıqları 1000 pay buradan yaxçıydı. 1000 pay. Mən orada qalsaydı, indi İranda bazı şəxslər deyirlər. Olmuşdum, 20-30 milyon ayda gəlirim idi. Biraz da eşikdə işlərdim. 2-3 dənə də evim var idi. Rahat geçinirdim. Nə mən İranda azadlıq qanadından çoxdur İranlılar. Nə mənəm azadlıq, nə mənəm burada gəldik, biz bu azadlığın qanadan hangi azadlığından istifadə edebilirik? Gücümüz yoxdur, radyo televizyonlarında işləyək, gücümüz yoxdur, ruznamələrində yazaq. Orada qalsaydıq ruznamədə yazardıq, radyoda yazardıq, televizyonda danışardıq, falan elərdik, bəhman elərdik, burada heç. Fikirləməyin bura gəlib yaxı, burada azad, burada işləyirlər, hamımız işləyir. Biri fəhlədir, biri bərnadır, biri ranəndədir, biri treni sürür, biri taksi sürür, biri dükanda işləyir, biri pom benzində işləyir, biri sabun kərxanasında işləyir, biri filan
yerdə işləyir. Deyil, fikirləməyin ki, məsələn, gəliblər burada rahatlıqdadılar. Hamı burada çalışır. Mən adamların adını gətirməyim, hər kəs nə işdə çalışır. Amma hamı çalışır. Mən treni sürdüm. Mən 2 il yarım Uber sürmüşəm gecə-gündüz. İşləmişəm, pul göndərmişəm Qaradağda villa düzəsində. Demişəm ki, burada bir 300 milyon pul göndərəcəm. Orada o zaman orada villa düzəsində Azərbaycanda iş yaransın. 300 milyonluq mən işləyim Azərbaycanda. 2 il yarım buna iş işləmişəm. Fikirləməyin ki, məsələn, bu rahatlıqda məsələn şey olubdu. Rahat değil. Bizler burada oturuyoruz. Ondan sonra da sen de git kitap oku. Sen değilsen rahat değil. Sen de git kitap oku. Sen de git təşkilat yara. Sen de cidden ki, mən vəzir olacağım, rəis cumhur olacağım, sərhəng olacağım, timsar olacağım, sipəhbud olacağım, ordu idarə edəcəyim. Arzusu olmayan bir millət. Beynində nəxşəsi olmayan bir adam. Arzusunda belə qorxaq ola, yarada bilməyə ki, mən rəis cumhur olacağam və o birilərinə deyə ki, sən niyə istəyirsən rəis cumhur olasan? Bu millət bir yerə çatmaz. Bu millət müstəmirə qalar. Dostlardan biri yazıb ki, Əhməd Obalını da vurdu. Bəli, bunlar bəhsdirlər. Bunlar, yəni, siz hiç eləməyin. Mən yenə bunları dünənki videoda danışmışam, o 4 saatda. Yəni, xahiş edirəm, gedin o videonu görün. Qoyun görüm adı da nədir? Ya burada görüm, burada mı təəssüfünü fikir eləməni başarmıram. Qoya bilərəm. Bir dəqiqə mən bu YouTube-dan tapım şeyi. Mənim o dünənki videomu tapsam, linkin əgər eləyə bilsəm, buradan götürüb oraya qoyam. Buradan götürüb oraya qoyanmarım. Onun üçün bu gərək sonra qoyular. Amma şeydir, ərz edeyim xidmətinizə, adın deyim, adının üzüylə. İstiqlal iradəsin heç bir şəxs, güc və dövlət sual işarəti altında apara bilməz. Elə bunu yazın, ələb əlifbası ilə yazın, gələr. İnsafəli hidayət. Onu orada yazsanız gələcəkdir. Ərz edeyim xidməti mübarək sizə ki, İran dövlət gəldi, bir dana fikir yaratdı. O da buydu ki, nümayəndələr şəhərdən çıxacaqlar. Amma şəhər nümayəndəsi olmayacaqlar, İran nümayəndəsi olacaqlar. İrancılıq teori var idi arxasında. Kanadada nə cürdür? İndi sizə mən dünyanın demokrat məmləkətlərində seçkini deyim nə cürdür. Təbrizi bölüblər məsələn 20 ilə. 20 dana məntəqəyə. Kanadada. Torontonu məsələn bölüblər 20 dana yerə. Siz adresiz olan yerdən ayrı yerdə səs verəməzsiniz. Yəni rəy verəcəksən ki, sən bugün rəy verəsən. Əvvələn adresiz burada bəllidir. Kanadada hamının adresi bəllidir. Mən bu evdən daşınıram o evə 10 gün qanuni mənim bəxtim vardı ki, dövlətə xəbər verəm, mən adresimi dəyişdim. 10 gündə xəbər verməsəm, polis tutsa, ya da ittifaq düşsə, dövlət məni məhkəməyə çağırır. Bu bir. Adresim bəlli oldu. Mən indi gəldim bura, dünənəcəm o məhəllədeydim. İndi bugün gəldim bura, adresimi də dövlətdə dəyişdim. İntixabat günündə bir dana kart, intixabat mərkəzi mənə bir kart göndərir. Adın budur, şöhrətin budur, adresin budur, sənduqu postun da budur. Sən bulan adresdə gedib səs verə bilərsən. Özü də, diqqət buyurun, səs verməmək sənin həqqin deyil, səs vermək sənin həqqindir. Yəni, qanun sənə deyir ki, sənin həqqin yox deyəsən, mən rəy vermirəm. Bunun sənin həqqin yoxdur. Sənin həqqin var, gedib rəy verəsən. Məhkəmə
sistemi eləyə bilər. Sən rəy verməsən səni mühakimə eləsin. Sən niyə rəy vermədin? Sən eləyə bilməzsən deyəsən ki, mən özümü öldürürəm. Haqqın yoxdur özünü öldürəsən. Sən eləyə bilməzsən deyəsən ki, mən istəyirəm məsələn evimdir, bunu yandıram. Sən haqqın yoxdur evini yandırasan. Sənindir, amma haqqın yoxdur yandırasan. Sən eləyə bilməzsən deyəsən ki, mən aşqallarımı istəyirəm ki, bundan bizi tövməyəm ki, saxlayam həyətimdə. Sən eləyə bilməzsən. Sən eləyə bilməzsən həyətində deyəsən ki, bura mənim həyətimdir, yekədir, 200 metr həyətim var, buradan 4 dənə camış saxlayacağam. Saxlayamazsın. Diqqət buyurun. İnsanların bir iddə həqqləri vardır ki, onlardan keçə bilməz. O cümlədən, sən deyə bilməsən, mən istəmirəm dövlətim olsun. Necə ki, mən istəmirəm, mən milli hakimiyyətim olsun. Mən istəmirəm sümürcə qal. Sən bunu eləyə bilməzsən. Sən sümürcə qalma haqqın yoxdur. Əgər biri deyir, mən İranlıyam, İrancıyam, İranlıyam, İranlılıyam, İranda qalmaq istəyirəm, bu adam sümürcə beyinlidir. Haqqın bilmir. Öz haqqın öz əlindən alır, verir bir ayrısına. Deyir ki, sənə inək lazımdır, öküz lazımdır, ki, ipusal mənim boynuma mən apar işlə. Bizim haqqımız yoxdur. Boynumuza ip salaq, veraq birinin əlinə, deyək ki, sən məni apar öküz əvəzinə işlə. Bir haqqımız yoxdur. Bunun üçün dostlar, Kanadada hər kəsənin məhəlləsi bəllidir. Sənduq postu üzüylə. Orada da bir dana yeri illər dövlət seçibdir. Dövlət deyəndə dövlətə rəbti yoxdur. Müstəqil dövlətdən müstəqil bir dana mərkəz vardı, intixabat mərkəzi. O intixabat mərkəzi gəlib bir dana bir yeri seçibdir, ya kirayə eləyibdir, kirayə eləyib. Normalda da budur. İntixabata 10-15 gün qalanda, bir ay, 2 ay qalanda deyirlər ki, hər kəs istəyir, məsələn, gəlsin, sandıq başına geçsin, sandıqlarda dursun, yazsın bizə, biz saatına, məsələn, 20 dolar pul verəcək. Saat 15 dolardır, biz 20 dolar pul verəcək. Məsələn, bunlardan ikisi 3 gün işləyəcəkdir, qalanları, məsələn, 1 gün işləyəcəklər. Vəssalam. O adamlar o günü gedirlər, o idarədə işləyirlər. O idarə deyir ki, sənin yerin, məsələn, filan adresi, gidəcək sonra duracaqsın. Səndığın başına millət gələcək, rəy verəcəkdir, listi də verirəm sənə. Bu adamlar gələcəklər. Adına baxacaqsan, şöhrətinə baxacaqsan, sandıq postusuna baxacaqsan, kartı millisinə baxacaqsan, o kartı millinin üzüylə baxacaqsan özünün əlindəkini kartı millinə, kartı millinin adresi, hər şeyinə tutuşturacaqsan, tutuşturanasın o rəyin, haqqı rəyi var. O rəyin orada sala bilər. Orada olmasa deyəcəksən, get ayrı yerdə. Sənin rəyin, məsələn, ayrı yerdə, get tal. Sənin evə bir kağız gəlib, haradasa rəy verə bilərsən. Bunun üçün, bunu niyə belə eləyir? Bunun üçün şürt durub gəlib Urmiyədə rəy verə bilməzsin. Bu məhəllədə gedib o məhəlləyə sən rəy verə bilməyəsən. Çünki sən, niyə? Çünki sənin nümayəndən çıxdı. Sən bildin ki, bundan bu David sənin nümayəndir. Bu məhəllənin nümayəndəsi, bölgənin nümayəndəsi Daviddir. Sən bundan bu üzrə hər nə işin var, David'e gedəcəksən. David də sənə cavab verməlidir. Gedirsən ki, David, məsələn, mən burada karxana qoyuram, iş qoyuram, kərxana qoyuram, mənə xəbər deyirlər, olmaz. Sən mənə deyirəm, onlar olmaz. Qanuni nə mənədir? Ya bir dənə qanun apar, təsvir belə ki, mən bu şəhərdə eləyə bilim, məsələn, bu işi görə bilim. Məsələn, hər nə mənə. Sən o nümayəndə ilə tərəfsən. Getdi bir iş cür gəlmədi, bir iş istəyirsən cür gəlmədi. Məsələn deyim, birdən burada indi bizim dostlarımız vardı. İstir bacısın, nənəsin, qardaşın gətirə bura. İşi cür gəlmir, dövlət icazə vermir, bir vaxta saxlır. Getmir dövlətə, gedir nümayəndəsinə. Salam əleykum, əleykum salam. Mənim adresim filandır. Demir, mən sənə rəy vermişəm, mümkündür, ona rəy verməyibdir. Ayrısına rəy verdi. Ya da əslinin rəy verməyibdir. Ondan işi yoxdur. Gedir o nümayəndə, deyir, sən mənim məhəlləmin nümayəndəsin, məntəqəmin nümayəndəsin. Sənin vəzifən mənim mənafeyimi difa eləmək. Bu məhəllənin mənafeyini difa eləməkdir. Bu məhəllənin də bir adamı mənim mənafeyimi difa eləməlisən. Mənə filan iş lazımdır, mənə filan köməklik lazımdır. O da deyir, tamam, mən bunu yazacağım vizarət filana, bunu da yazacağım vizarət bəhmuna, sən getçinə, mən bunun cavabları sənə göndərəcəm. Görürsün, nə qədər və nə oldu? Millət gəl, nümayəndə, Kanadanın nümayəndəsi deyil.
bu məhəllənin nümayəndəsi. Çünki bu məhəllə gərək inkişaf edir. Mənə nə o birisi məhəllə inkişaf edir? Mən qaldım dağıya. İndi mənə nə ki İsfahan nə dedilər ki İran dövləti, Əhmədinəcadın dövlətinin adamları deyibdi da, İsfahan şəhrində Çin, Japon, Kore, Hindistan və bir neçə məmləkət qədər motosiklet karxanası var. Yəni, diqqət buyurun, Çin 1 milyon 600 min, Hindistan 1 milyar 600 min, 100 milyon, Hindistan da o qədər. Ondan sonra Japon o qədər, nə qədər, hər nə qədər cəmiyyəti ilə və o iqtisadi gücləri ilə. Kore, o da o cüzü. Singapur, o da o cüzü. Nə bilim, Malezi, o da o cüzü. Bunlar, Pakistan, bunların hamısı qədər onların karxanaları var, motosiklet karxanaları var, motosiklet düzəldirlər. İsfahanda o qədər karxana düzəldiblər. Yəni fikrin ki, onların 300 dana motosiklet karxanası var. Neçə milyon, neçə milyard adama, 3 milyard adama 300 dana karxanaları var. İsfahan şəhrində 80 milyon adama istəyirlər motosiklet düzəldilər. 300 dana, bilmirəm, amarı yadımda deyir, amma bu vardı. Bu internetdə vursanız gələcəkdir. Karxana var. Zobahən, Hind, Çin, Japon qədər şeydə siz deyin. İsfahanda karxana var. Mənə nə ki, axı mənim nümayəndə niyə gedib də əvvəlcə ki, Kələybər, Bərziqan abad ola, İsfahan abad olur. Əvvəlcə ki, Urmiyə, Xoy, Səlmas abad ola, əvvəlcə ki, Zəncan, Əbhər abad ola, əvvəlcə ki, Qəzvin abad ola, Ərəç abad ola, Miyana abad ola, gedibdir, İsfahan abad olur. Simnan abad olur. Niyə? Çünki bu nümayəndə mənim nümayəndəm deyil axı. Çünki bizlərdə bunu deyir, buna görə deyirəm, İranlı düşünməyəcəksiniz. Ha, biz gəlirik burada nə deyirik, sizə bunları deyirik. Deyirik ki, dünyada sistem fərqlidir. Niyə deyirik, beyniniz yıxanıbdır? Belə olub yıxanıbdır. Beynimiz beləsi olub yıxanıbdır. Gəlib bizi su tutmayıb da ki, başımıza. Biz bir şeyler eşitmişik, onu tuti kimi titrir edirik, gəvşirik. Salmışıq ağzımıza, saqqız eləmişik. Hizbilər niyə məsələn filan kəs Ərdəbildə? Sən də gidin öz şəhrindədir dostum. Hər kəsin öz şəhrində bir milli hərəkətin bir tərəfindən yapışsa, hər şəhri özün difa eləməyə gücü olsa, hər şəhrin özündə 1000 dana, 2000 dana, 5000 dana fədai düzəlsə, bizim bəsimizdir. Necə ki, məsələn, indi mən üçün Təbrizdə işləmirəm, deyim, Ərdəbillər niyə işləyirlər? Yaxşı edirlər, əllərini öpürəm. Sən Təbrizdə işləsən, sən Zəncanda işləsən, Qəzvində işləsən, Əhmədanda işləsən, sən Xoyda işləsən, hər yerdə işləsən işlə. Hər kəsin öz şəhrində işi qabağa varsa, Urmuc gölü bu vəziyyətdə olmaz. Bizim müşkülümüz budur ki, bizim əlimizdən dünən dedim bunu, dedim ki, o şey haqqdır ki, bizim milli mənfəətimizi qəbul edir. Əgər bizim milli mənfəətimizi qəbul eləməsə, nahaqqdır. Bizim haqqımız yoxdur, deyək ki, baxım görürüm, sən haqsən ya, o haqdır. Yox, elə bildik ki, bu türkdür, sən haqsən. Qutudur. Bir dana profesordur, məsələn, Ziba Kənan, bir də bizim bir dana Moğolxadımız. Xiyabanda savaşıblar. Biz Moğolxadımızı tərəfini tutacaq. Çünki bizə haqq olan adamımızdır. Ziba Kəlanın deyil. Çünki Ziba Kəlan bizdən deyil ki. Ziba Kəlan düşməndəndir. Bizim haqqımız yoxdur, yaxşı. Əsən biz vurmuşuq onun maşınına, o deyir, mənim maşınım siz vurmuşsunuz, nahaqqsınız, xeyr. Əgər gördük ki, bir dana türkün səsi gəlir, farscanı danışır, türk ləhcəsi ilə, haqq səndəndir. Haqq sən, biz sənin yanında duracaq. Milli düşüncə belədir, dostlar. Amerikanın bir dana sərbazın vuranda durur, gedir,
Mən sənin işlə 1000 dana məni öldürmüşəm. Sən də mənim 3 dana öldürmə, cəlləm səni öldürürəm. Haqq məndəndir. Çünki haqqı mən təyin edirəm. Haqqı mən tərif edirəm. Haqqı mən göstərirəm nə haqqdır, nə haqqdır. Və haqq nədir? O şey ki, mənim mənfəətimdir. Mənim millətimin mənfəətinədir. Mənim vətənimin mənfəətinədir. Mənim rifahımadır. Mən burada mən özümü şəxsimi demirəm. Mən millət olaraq danışıram. Bizim haqqımız yoxdur İran kimi düşünürəm. Bunun üçün deyirəm, dünənki video çox önəmli. Çünki çoxlu mövzular haqqında bunları danışdırmış, açmışıq, demişik ki, nədir olacaqdır və xahiş edirəm, gedin görün. Gedin qulaq asın. İradınız olsa, irad tutsaz, gəlin yazın. Mənim özümə də yazın. Ümumi yerdə də yazın. İnsaf əli hidayət sən iştibah eləmsən. Niyə bu dəlilə? Mən cavabım olar deyərəm. Cavabım olmaz, gəlirəm deyirəm, siz düz deyirsiniz. Təəssübə, o cür təəssübə ehtiyac yoxdur. İki şeyə təəssüb var. Ondan sonra heç sədə təəssüb yoxdur. Millət vətən. Millət vətən. Ondan sonra heç kəs, dünən dostlar yazdılar, müqəddəs dedim, heç kəs müqəddəs deyil. Heç kəs müqəddəs, heç fikir, heç düşüncə müqəddəs deyil. Necə ki, din müqəddəs deyil. Mən o birisi gün kravatımı belə çəkdim, açdım, dedim, kravat, mənim bu kravatım dindir. Bugün bu rəng bağlamışam, açaram, ataram. O yüzden səhər bir ayrısını bağlarım. Bizim təəssübümüz iki şey. Sən mənə deyirsən, vətən və millət. Bundan sonra heç təəssübün, haqq vətəndə və millətindəndir. Vətən və millət. Haqq bunlar ikisidir. Ondan sonra haqq yoxdur. Həsən Qulu, Hüseyin Qulu, bunlar hamısı geçicidir. Biz geçici adamlara bel bağlamayacaq. Bağlayacaq təbii ki. Təəssübümüz də necə ki, onlar vətənə və millətə işləyə qədərdir. O zaman ki, vətəndən və millətdən caydılar, onda bizim onlara təəssübümüz olmayacaq. Rəsmən və əmələn biz belə düşünməliyik. Milli deyəndə nə olur dostlar? Milli yanı bu iki. Və dostlar, bu dostumuzun mən sevdim sözü. Vətən adlı dostumuzun sözünü söyledi. Mənə fikir verdi. Deyir ki, şəhərlik şey olsun. İttifaqa və Cümhur Abbas Lisanı cənabları da bunu deyib ki, şəhər, mənim nəzərimdə Abbas Lisanı böyük ittifaq elədi onlar. Milliyyətçilik, vətən adı, baxın o zaman ki, deyir, mən əvvəl vətənim İrandır, sonra Azərbaycandır. Çünki bunu Azərbaycansızlaşdırıblar. Azərbaycanı bundan çıxadıblar. Azərbaycanı nədir çıxadıblar? Deyirlər, sənin kəndin, sənin vətənin deyil. İranın harasını geçsin, o sənin vətənindir. Amma əgər məndə bu qalsaydı ki, mən Çalanlıyam, Çalan mənim vətənimdir, İran mənim vətənim deyil anlamına gələr. Mən Çalanlıyam, Çalan Azərbaycanın bir parçasıdır. Mən Azərbaycan mənim vətənimdir, İran mənim vətənim olmazdı. Hər kəsən Kanadada bu cürdür, Amerikada bu cürdür. Bir dana, məsələn, mən yaşadığım yerin yaxınlıqlarında kət var. Kət yerində İran kimi kət deyil ki, bura adı kətdir, bir dana şəhərdir, məlisxanası da var, şəhərdə da var, hər şey var da, amma adını bilir Village kət. Elə adı üstünə Village, yəni kət. Bir də gedirsən ora, deyir ki, biz Torontodan göçlüyüz, bizim kimimiz var. Bizim, məsələn, Torontoda da festival var. Dostlar, diqqət buyurun. Onun qabağına burada da festival qoyubdu. Məsələn, mən geçən bir dənə şəhərə getdim, köhnə maşın, antik maşınlar festivalı qoymuşdu. 3 gün. 2-3 min dənə maşın dünyanın hər yerindən gəlmişlər orada festivala. Bir dənə çıxılı şəhər idi, neçə min nəfər cəmiyyət var? 3 min cəmiyyət var. 3 min cəmiyyət idi, biz Torontoda bu festival yoxdur, bizim varımızdır. Geçen bir həftə bundan qabaq bizim bir dostumuz gəlmişdi. Dedi ki, o 3 saat şimalda yaşır. Yəni biz Torontoda yaşırıq. Torontodan 3 saat, yəni 300 kilometr geçsəz, hava çox sərinlər, ora geçsəz, bu da biraz şeyə tərəf, Ottaviyə tərəf, o tərəflərdə deyirdi ki, burada məsələn bir dənə festival var. Fəqət Kanadada bizdə var.
bu şəhərdə var. Şəhərin cəmiyyətinin içəridə 600 dənə adam var. Amma deyir ki, mən Torontonun qabağında duracağam. Biz özümüz bir şəhər. Çünki siz şəhərinizə təəssübünüz, qeyrətiniz olmasa, sərmayə oradan qaçar. Əgər niyə sizin şəhərinizin adam durub gedib Təbrizdən, durub gedibdir şimalda hotel tutubdur, bizə minnətim qoyur ki, siz bir də belə elədiniz, mənə icazə vermədiniz, 5 dənə apartman tutub, mən getdim orada şey elədim. Səndə vətən anlayışı yoxdur. Səndə şəhər anlayışı. Səndə şəhər anlayışı olsaydı, deyərdin ki, mən məsələn haralıyam, məsələn xoyluyam. Mən karxanamı xoyda tikəcəm. Mən hotelimi xoyda tikəcəm. Gedib şimalda tikməzdi. Niyə bu cür oldu? Niyə Amerikalılar belə deyir? Niyə Avrupalılar belə deyir? Çünki bizə tərsə öyrədiblər. Bizdən vətən hissini bizdən çəkiblər, alıblar. Bizim necə qanımızı damarımızdan çəksən, gedib qan verənlər bilərlər. Qan verəndə damarınızdan qanınızı çəkirlər, alırlar sizi. Bizim də vətənini və millətlik sevmağı bizim qanımızdan çəkiblər, alıblar. Bizim qanımıza baxsan, bir çoxumuzun qanın analiz eləsə, içində vətən yoxdur. Elə bir ki, A vitamini, B vitamini, C vitamini yoxdur. Dəmir yoxdur. Filan yoxdur. Niyə? Bunları bizim qanımızdan alıblar. Biz niyə vətənsiz yox? Çünki qanımızda vətən eşqi yoxdur. Çünki bunu bizim qanımızdan bizi vətənsizlədiblər. Bizə bəzi adam düşün, mənə nə fərq edər? Mənə hər yer vətəndir. Yəni bu adamın vətən anlayışı yoxdur. Əslən bu adam bilmir vətəndir. Əslən bu adamın milliyyət hissi yoxdur. Bu adam gəlib Türkiyəyə, Təbrizdən, Urmiyədən, Zəncandan, oradan, buradan. Farsı danışır, farsı yazır. Farsı musiqi qoyur. Biri ilə danışanda farsı danışır. Mən İraniyam. Bir dana Türkiyəyə danışır. Məsələn, o soruşur, məmləkət nərəsi? İranlı. Ulan sən İranlı deyirsən, mən Azərbaycanlıyam. Amma adamın vətəni yoxdur, vətənin düşüncəsi yoxdur ki. Vətəni düşünmür ki. Milləti düşünmür ki. Demir ki, mən Türkəm. Mən İraniyam. Mən İranlıyam. Ulan sən İranlı deyirsən, sən Türksən. Sən Azərbaycanlısan. Sənin millətin Türk millətidir, vətənin Azərbaycandır. Amma adam vətənsizləşir, baxın. Onun üçün ona mühüm deyil. Mən dedim, ən önəmli budur ki, sən gərək təəssübün milləti olur. Dedim, bizə deyim də təəssüb bir şeydir. Təəssüb pis bir şeydir. Təəssüb çox qəşəng bir şeydir. Təəssüb hər millətin qabağa getmək şeyidir, çabasıdır. Təəssüblə millətlər qabağa gedirlər. Təəssüblə millətlər rəqabət elərlər. Təəssüblə millətlər bir-birlərinə rəqabət bahis olar ki, sərvət gələr, pul gələr, insan gələr, filan gələr. Bir dana şəhər vardı, 8 saat buradan Torontodan üstə gedəndə adam yığa bilmir. Çox soyuqdur, uzaqdır. 8 saat gələk maşın sürəsən, gedəsən olur. Gəlib deyibdir ki, bura hər kəs gəlsə 2000 metri 10 dolara verəcək. Niyə o cür elə? Deyir ki, mənim vətənimə şeyim vardı, həssasiyyətim vardı, təəssübüm vardı. Gəlsinlər, pullular gəlsinlər, burada yer 10 dolar tamamına gəlsinlər, yer alsınlar. Amma burada 500 milyon, 500 min, 1 milyon xərcləyəcək, ev düzəldəcək, xiyaban düzəldəcək, şüşə düzəldəcək, park düzəldəcək, ağac əkəcək, evinə mobl alacaq, səndəl alacaq, televizyon alacaq, filan alacaq. Mənim şəhərimdə iqtisad inkişaf edəcəkdir. İşsizlər işə gedəcəklər. Mütəvəccüh olursunuz. Siyasəti bilirsiniz. Vətəni sevmək elə bu cürdə yaşasın Azərbaycanla vətən çıxmaz. Traktor milli bayraqla dostunuz dedi, şey çıxmaz, vətən çıxmaz. Millət çıxmaz. Əvəz ki, gələsən burada Həsənin başına, Hüseynin başına, İnsafənin başına çığırasan, o hizbin başına, bu hizbin, orada o şeyin başına çığıracaqsan. İranın ustalarının, fərmanlarının nümayəndəsinin hangi Azərbaycanlı vətənpərəst? Dünən bunu dedim, yenə də deyim. Kim durub gedib deyib? Məsələn, filan kəsi vurubdur ki, Azərbaycanın ziddini danışır. Hamı gözdür ki, mən gedim. Yox, vətən qeyrətini bizdən alıblar. Düşüncəsini bizdən alıblar. Təəssübün bizdən alıblar. Millət təəssübün, millət qeyrətini bizdən alıblar. İndi Tehranda fikirlə,
meydan İmamhüseyn'də, meydan Azadda, meydan İnqilabda, meydan nə bilim Təcrişdən, falan yerdə bir dana türk qışqırır. Ay vay mənə vururlar. Ay burada bir türk yoxdur. Heç istəmir hamı çıxı gedir. Vətən qeyrəti, millət qeyrəti alınır bizdə. Amma bir də var idi. Bir zaman var idi. Fakat Türk'ün sesi çıkanda hamlı bile Türkçe. Ola ne oldu? Kim bunu vurur? Türkçülükler o adamı vururlar. O kadar hakkı yoktu mənə bu mühim değil ki bu vurub oldu. Mənə mühim budur ki bu mənim həm vətənim, həm dilimdir. Qanlımdır, həm qanlı. Mənlə bir qanımız var. Bir millət, bir dil danışırıq. Bir toprakdanıq. Amma bunu bizdən alıblar. Bunu bizdən aldığı için bu Türkçe orada vururlar işimiz yoktu. Onu orada vururlar işimiz yoktu. Bunu burada vururlar işimiz yoktu. Bizdə gərək bunlar çoxalır. Traktorun o zamanaca bize ərzişi var, o timin ki bizi bunlarda köməklik edir. Bizə traktoru çox sevirik. Hörmətlə qoyuruq. Niyə? Çünki orada bəzi şuarlar deyilir. İnsanlar yavaş-yavaş təəssüb zehnilərindən çıxır. Yavaş-yavaş millətləşirlər. Yavaş-yavaş Azərbaycan sənə canın qurban olsun. Azərbaycan mən sənin yolunda öldürərəm. Azərbaycan mən sənin yolunda ölərəm. Bura gedir. Biz də bunu istiyoruz. Yoksa millət olmaz. Əgər siz deyəsiniz ki, dostlar, bir tane məmləkət var. Adı Səngapurdur. Səngapur suyun ortasında bir daşdır. Daş. Sınır daş. Sınır demilir. Nə deyir ona? Dostlar yazın. Nə diyor? Fəqət daş. Bir tane adadır. Osman adası ki var da şeydə, Urmu gölünün ortasında. Ona bir adadır. Yumruq gibi. Ama yekə. Çok büyük. Çok büyük. Neçə 100 hektar bilmirəm oranın yeridir. Çok büyük bir adadır. Suyun içinde. Yumruq kimi yekədir. Burada torpaq yoxdur, gül əkəsən. Torpaq yoxdur, gül əkəsən. Çünki adadır, şirin suyu yoxdur. Yağışın suyu yağışdır. Yağışdan sonra hissedilir. Yani oradan mesela bir çay aksın, bir kuyu gaz aksın çıksın, böyle bir şey yok. Kuyu gazdan su çıksa şor su çıkar. Torpaq yoxdur. Dedim ben, sidirəmən hemen onun adı yadımdan düştü. Çıktı. Daşdır. Daşdır. Orada istəyəsiniz bir şey tikəsiz, iki daşı qoyası bir üstünə, istəyəsiniz orada palçıq qoyası, gedib gəmi ilə palçığı ayrı yerdən gətirəsiz, simanı ayrı yerdən gətirəsiz, burada bu daşları qoyası bir-birinin üstünə tikəsiz gedir üstünə. Nə nəfti var, nə qazı var, nə əkinzəyi var, nə falan var, nə. Suyun ortasında, dünyadan kəsin. Dünyanın hər yerindən torpağı, simanı, dəmiri, filanı gətiriblər orada, adam tikiblər, gedib göyə. Dünyanın uca saxtımanlarının deyə bilirəm ki, məsələn, Fiçelində, dünyada 100 dana uca saxtıman var, bunun 80'i orada. Dünyanın ən baha şəhəri orada. Ən baha şəhər orada. Ən rifahlı şəhərdir orada. Yəni, buranın karxanası da yoxdur. Amma gəlib karxananı eşikdən alırlar, gətirirlər bura, dünyadan yük gələr bura, yükü gətirirlər bura, buradan dünyaya yük verirlər, pul qazanırlar. Yəni, gecə günüz işləyiblər, vətən yaradıblar. Bu daşı özlərinə vətən eləyiblər. Vətən, dostlar, nəft üçün vətən deyil. Vətən, qaz üçün vətən deyil. Vətənin anlamı budur ki, mən burada yaşıram, bunun üçün ölərəm, buranın rifahı üçün, buranın inkişafı üçün, buranın insanlarının rifahı üçün çalışacağım. Yoxsa sən deyəsən ki, burada mənə bu imtiyazı vermədilər, mən pulumu aparacağım, falan gidiyorsun, sən vətənçi deyilsən, sən ziddi vətənçi. Sənin beynində vətən yoxdur. Amerikalılar pullarını aparıblar, qoyublar Səngapura. Aparıblar, qoyublar filan yerə. Doğrudur, qoyublar. Amma niyə qoyublar? Deyiblər, orada ucuz deyil, xaricər. Biz orada işlədəcəyik, gətirəcəyik bura. Dünyanın buradan göndərəcəyik ora, oradan satacağıq dünyaya. Biz oradan çox pul gətirəcəyik. Çox pul gətirirlər Amerikaya. Bu üçün onların pulları tamamen gəlir Amerika bahlarına. Amerikanın orada bahları var. Necə indi biz işləyib qoyuruq İranın bahlarına?
Bu pulun mənfəəti var. Pulun özü ki fırlanır bir mənfəətdir. Bir də bu pulu verirlər Bama, ora, bura, karxanalara, filanlara, bəhmana, oradan iş yaranır. O da bir mənfəətdir. Nuzul ağır, o da bir mənfəət. Yəni bank özü yüzlər mənfəət çıxadır. Yüzlər mənfəət çıxadır ki biz onların heç bir... Amma onu veririk kimin bankına qoyuruq, hesab İran bankına qoyuruq. Amerika neyinir? Amerika gətir Türkiyədə orada burada bank qoyur, bir pulları gətirin qoyur mənim hesabıma. Mənim bu pulların mənfəəti keçsin mənim millətimə. Bir var ki, hə, Təbrizdən üstü deyir ki, mən məsələn filan yerdə karxana qoya bilirəm. Məsələn, Təbrizlilər bu işi gördülər. Axmaq beləsi olar. Aparıb traktor çarxanasında bir dana Kürdistanda düzəltdi. Sən burada ildə 20.000 dana traktor düzəldirdin, apardın verdin Kürdlərə, Kürdlər 10.000'i düzəltsin, sən də 10.000'i düzəlt. Mənfəətin getdi. 10.000 dana traktor satacağıdır ildə, 10.000 danan da onlar satacaqlar. Sən nə edəcəksən? Buna deyirlər axmaq vətəni bilməyən. Bir dana karxanası var idi, traktor sazı ki 4 dana traktor sata bilərdi ildə. Onu da apardı bir dana şöbə vurdu şeydə. Kürdistanda sən əndəsə siz burada traktor düzəldi. Mən də gedəcəm parmağımı somuram. Sən nə satacaqsan? Sabahları İran müstəqil oldu, nə edəcəksən? Azərbaycan müstəqil oldu, nə edəcəksən? Adam düşünmür. Siyasi adam bunları düşünür. Siz əgər siyasisiniz, mən əgər siyasiyəm, o əgər hizbidir, bunları düşünür. Gecə günüz gərək bunları düşünür. Biz muhtadları neyəcək dostlar? Sabah bizim muhtadımız var. Bir belə fahişəmiz var. Bir belə zindanda adamımız var. Bunları neyəcək sabah? Siyasinin işi bunları düşünməkdir. Siyasinin işi bunları durur gərək xiyabanda gedə, şəxsi gedə. Ona da gələr, təbii ki ona da gələr. Amma siyasinin işi lider olmaqdır, rəis cümhur olmaqdır, vəzir olmaqdır, ustandar olmaqdır, fərmandar olmaqdır, bəxşdar olmaqdır, məclis qurmaqdır, ədliyyə qurmaqdır, bunları idarə eləməkdir, bunların başında olmaqdır. Bizdən şəhərlərimizi əlimizdən alırlar. Kətlər. Olan kətlərimizi mülkdə o yerçərəfdə torpaqları. Mən bu gün fikirləşirdim ki, mənim dədəm bizim kətdə kasıb adamdır. Çox cavanlığında dədəsindən ayrılıbdır. Dədəsi də biraz deyibdir. Çox mal verməyib bunu. Amma yenə də baxırdım, görürüm ki, yenə az olsa bizim kətdə bir 10 hektar yerimiz var imiş mənim dədəmin. Onu tərcih elədik, bizdən vətəni elə aldılar. Əvəzin ki, bizim pullu adamlarımız düşünürlər ki, mən pulumu aparım, qoyum bura, insanlar gəlsinlər, burada işləsinlər, qalsınlar vətəndə. Apardılar, qoydular Tehrana, biz hamımız daşındıq Tehrana, Təbrizə, ora bura. Kət boş qaldı. O metri bir qrana satanmadıq yerimizi, getdik Təbrizdə, Tehranda metri fulana yer aldıq. Elə indi daha sərvətimizi də Azərbaycandan daşıdıq Tehranda apartman alaq. Dünənləri birinə baxırdım, yazmışdı ki, fəqət fondasyonun istəyə təbirlıq edən metri düşür neçəyə? 4 milyon, 3 milyon 700'ə. Hələ onun pəncərəsi var, ağartması var, lüləsi var, bərqi var, suyu var, qazı var, telefonu var. Bunlar gələcək üstündə metri çıxacaq məsələn 5 milyona. Ya 6 milyon, ya 7 milyon, ya 10 milyon. Bizim kətlərdə yerimiz, şəhərlərdə yerimiz neçəyə metri gedir? Müftü. Niyə? Çünki biz vətən düşünməmişik. Vətəni anlamamışıq. Vətəni ötürmüşük. Sərmayəmizi aparmışıq İsfahan'da, Bəndər Abbas'da, Simnanda, Yəzdidə, Karşanda, Şirazda. Ondan sonra olubdu. Batı Azərbaycana iş yoxdur işləmək. Adamlar köçür gedir Tehrana. Nə olur? Evin satır şurada. Çünki sən neyəcəkdir? Sənin əgər milli düşüncən olsa, sənin milli sərmayən getməz o birisi yerə. Əvvəl məscidin içi, əvvəl evin içi, sonra məscid. Nə məscidin içi? Əvvəl öz kəndin, öz şəhərin. Əvvəl öz şəhərində sən şəhərbazlıq eləyəcəksən əslən. Əslən tarix boyu insan şəhərbazlıq əsasında millət qurubdur, dövlət qurubdur.
çox belə geri qalmışıq, çox geri qalmışıq. Xüsusən ki, İran düşüncəsinə girən insanlar geri qalmış insanlardır. Buradan qurtarmalıyıq dostlar. Mən istəmirəm birini danmayam. Mən heç kəsi danlamaq istəmirəm. Doğrudan bunu deyirəm. Çünki mən də bu yolcu yermişəm daha. Mən də bu cür olubdur. Mən də pan-İranistikdən gəlmişəm bura. Mən də bir zaman İrancıydım. Hamımız bu yoldan gəlmişik. Bir çoxumuz Xameneyici olmuşuq, Xümeynici olmuşuq, bir çoxumuz Şahçı olmuşuq. Bunlardan gəlmişik. Yəni şeylə gəlməmişik. Ayrılmışıq, yavaş-yavaş ayrılmışıq. Amma ayrılmağa çalışmışıq və həmlə eləməmişik. Mən federalist olanda Əhməd bəy Dobalın cənabları mənlə müsahibə elədim. Mən ona həmlə eləmədim, sən niyə istiqlalçısan? Çünki o da bir insanlara hörmət qoyacaq. Xüsusən özümüzə. Dedim, bizim dostlar, baxın, bizlər müstəmir olduğumuz üçün və işğal olduğumuz üçün işğaldan çıxmaq istiyoruz. Ondan savaşmaq istiyoruz. Savaşmaq ruhiyyəsi bizdə var. Amma tüm ona zorumuz çatmır. Bunun acısı bir-birimizdən çıxardır. Mən əvəzim ki, gedəm, ustadların başına qısıram, əvəzim ki, gedəm o nümayəndən qoyam şapalağın altına, əvəzim ki, ona bir-iki dəyərə çəkəm, hətta əvəzim ki, gülləni çəkəm, vuram kəlləsindən yıxam yerə, əvəzim ki, o Kürdünlə savaşam, əvəzim ki, o Farsla savaşam, əvəzim ki, o televizyonda çıxıb məni təhqir edir, onunla savaşam, onu vuram, onu öldürəm, gəlirəm burada, deyirəm ki, bizim hizbimiz niyə oturdu? Və bilmirəm hizbin işi nədir. Və İran dediklərini burada tikir edir. Biz bundan qurtarmalıyıq. Nədir qurtaracaq? O tarafı işləyəcək. Burada indi 5 nəfər adam var. Hərəmiz gedək 4 nəfəri yığaq başımıza, deyək ki, bununla bizə həftədə 1 saat qoyacaq, görək ki, bizim müşkülümüz nədir? Bizim Azərbaycan müşküllərini toplayaq. Ya məsələn, niyə müstəqil olan? Bunun müşkülünü tapaq var. Biz niyə? Mənə zehnimizə gəlir, fəqət bunları tökək. Bunları tökək, toplayaq, yazaq. 1, 2, 10, 100, 200, 500, 1000. 1000 dana illət tapdıq ki, niyə biz bu vəziyyətdə yaşırıq? Bu özü böyük bir işdir. Bir tane otağı fikrin işidir. Otağı fikir beləsi olar dostlar. Otağı fikir hətmən bir idarə deyil, bir sazman deyil. Otağı fikir o yerdir ki, 4 nəfər orada oturarlar, danışarlar, yazışarlar, fikirləşərlər, yazı yazarlar, məqalə yazarlar. Radyo fərda bir otağı fikridir. Radyo birisi bir otağı fikridir. Televizyon bir otağı fikridir. İnternational bir danadır. Fərda bir danadır. O birisi bir danadır. O birisi. Bunların hərəsi otağı fikridir. Hər ruznamə bir otağı fikridir. Hər həftənamə bir otağı fikridir. Çünki oradan bir fikir yayılır. Orada bir şeylərə görə deyirlər ki, biz bunu qəbul edirik ya, eləmirik. Keyhan bir otağı fikridir. Risalət bir otağı fikridir. Səlam bir otağı fikridir. Çünki orada yüzlər nəfər işləyir. Bizim indi gücümüz yoxdur, radyo, televizyonumuz yoxdur. Yüzlər, minlər nəfər gətirək bu sahədə deyək ki, fikirləş, yaz, dağıt. Amma bunu eləyə bilirik. Məsələn, burada 6 nəfər, indi 7 nəfər. 7 nəfər deyək ki, ağa, mən gedəcəm 7 nəfər yıxam dövrəmə. Yox ki, bu cümlədə istiyoruz ki, İran-İsrail məsələsində bir təbliğat yapaq, bir yazı yazaq, nələr yazaq. Sən o zaviyədən mənə həmlə elə, mən də sənə həmlə elə. Zahirdə zərgəri dava salacaq, amma bu sözü aparacaq İran içinə. Yəni dostlar, bunlar zərafət istir. Savaşın çoxu güldə ilə olmaz. Savaşın çoxu rəvanidir. Ruhsal savaşlardır. Sən düşmənin əvvəl gərək düşməni içəridən qorxudasan, it böləsən, ondan sonra zəfər qazanırsan. Yoxsa sən düşməni bölənməsən içəridə, düşmənin içinə girənməsən, düşmən səni bölsə, bitdin. Gəlin, hərəmiz bir dana fikir tanıyır. Ad qoyduq, qoymadıq, mühüm deyil. Heç dostlarımız bilməsin, biz burada otaq fikir yaradırıq. Gedirik, deyirik ki, məsələn, götür, Cəvad Miriyə minə, bir dana otağa fikridir. Nə cür? Hər gün o Telegramda kanalı var. Orada gəlir, bir nəfərin fikrini nəqd edir, qoyur ora. Ona cavab gəlir. Cavaba cavab. Baxın, bu bir dana fikir yayır. Biz ne deyirik? Bir dana fikri, bu gün deyirik, səhvi yadımızdan çıxır. Əslən dostlar, gəlin oturub fikirləşək. Fikirləşin. Dostlarınızla.
Milli demək yəni nə mənim? Nə cür milli olmaq var? Nə cür milli olmaq olar? Nə cür duyğularımızı, geyimimizi, oturuşumuzu, duruşumuzu, danışımızı, güləşimizi, gülmağımızı, yerimağımızı, geyinmağımızı, soyunmağımızı milli eləyək. Nə cür musiqimizi, oynamağımızı, toyumuzu, küçədə yol yerimağımızı, küçədə danışmağımızı milli eləyək. Bizim millidən düşüncəmiz nədir? Nə məniyə düşüncədir? Hangi müşəxxəsatımız olsa milli olar? Yəni, mən nə cür giyinsəm, nə cür tərpəksəm, nə cür düşünsəm milli olaram. Nə cür yazsam, nə cür oxusam, nə cür gezsəm, nə cür gəlsəm milli olaram. Kimlərlə gezsəm, kimlərlə gəlsəm milli olaram. Kimlərlə gezsəm, kimlərlə gəlsəm milli olmaram. Nəyi düşünsəm milli olmaram, nə cür düşünsəm milli olmaram. Nəyi bilsəm milli olaram, nəyi bilməsəm milli olaram. Nəyi bilsəm milli bilməsəm milli olmaram. Gəlin milli üstündə danışın, yazın. O tökün fikirləri, sonra oturun onların bir-bir yazın. Mən belə düşünürəm. 7 nəfər olsaq, hərəmiz bir dana onun üstündə yazsaq ki, mən belə fikir edirdim. Yol çıxar, yol. Fəlsəfə buradan çıxar, baxış buradan çıxar. Dünyanın gələcəğini bura təyin edəcək, teknoloji yox. Çünki əvvəl gərək sizin zehniniz dəyişər, zehniniz dəyişəndən sonra zehnini özünə görə teknoloji yaradır. Zehni teknolojini özünə münasib, sizin zehniniz İrancı olsa geriyə girərsiniz, yarada bilməz. Ən çox geçsə montaj. İran geçən yüzildə danışqahlardan onlar milyon mütəxəssis çıxıbdır, hamı montaj. Montajın sonra bir şey yoxdur. İranlar desinlər ki, biz falan şeyi birazdan bəşəriyyətə vermişik, istira eləmişik, İranda işlədir. Desinlər də bir şey desinlər. Hər sahədə deyirlər, desinlər, bunu ixtira eləmiş. Allahın Quranına da belə baxa bilməyiblər. Hədisləri də belə taza bir məna verə bilməyiblər. 1000 il bundan qabaq bir dənə molla belə deyib, belə bunlar həmanı nuşxar edir. Gəvşirlər. Nuşxarın fikir tütəsi gəvşəməkdir. Fikirəm ki, bu düz saatdan çalışır. Baxım görün neçə oldu saat. Bəli, 2 saat oldu. 2 saat yarım deyir. Hər halda otağı fiç gəlin quraq, hərəmiz bir dənə otaq fiç olur. Fərq eləməz, xanım olsun, ağ olsun, yaşlı olsun, cavan olsun, savadlı olsun, savadsız olsun. O zaman ki, bir dənə mövzunu bəhsə qoyuq öz aramızda. Və deyirik ki, bunun farslar belə düşünüblər. Gedirik, axtarırıq bunları. Farslar belə düşünüblər. İngilislər belə düşünüblər, Almanlar belə düşünüblər, Ruslar belə düşünüblər, Japonlar da belə düşünüblər, Çinlilər də belə düşünürlər, Türkiyəllər belə düşünürlər, Azərbaycanlar bu cür düşünürlər, Şimali Azərbaycan. Mən də belə düşünürəm. O deyir ki, mən də belə ayrı cür düşünürəm. O da deyir. Burada necə nəzər çıxdı? Onları ki, bildik, ayrı məmləkətlər ayrı bir şeydir. Amma onları niyə dedik? Onları dedik ki, bizim beynimizdə fırtına yaransın. Ona görə dedik, Amerikalı belə, Fransalı belə, İngilisli belə, Rus belə, Ərəb belə, Fars belə düşünübdür. Bunu oraya da beynimizdə fırtına yaransın. Beynimizdə ki, fırtına yarandı, mən belə düşünürəm. Sən də deyirsən, mən belə düşünürəm. Mən Tazaşdan deyirəm, mənim zehnimə bu da gəldi, bu da ola bilər. O deyir, mənim də zehnimə bu da gəldi. O da deyir, mən də belə düşünürəm. Bu da deyir, belə. Görürsünüz ki, məsələn, 20 dənə beyin fırtınasının 20 dənə mizin üstündə şey var, yazı var. 20 cürə baxış var. Tamam. İndi bunların birini götürək, bir dənə, bunun üstündə Tazaşdan düşünək. Bunun üstündə düşünək. 7 dənə burada adamıq, 7 dənə burada məqalə yazılacaq buna görə. Hər kəsin geçsin, özün buna görə düşünsün, yazsın. 7 dənə məqalə çıxacaq, bir dənə uzaqda. Görürsünüz nə çıxacaq? Görürsünüz ki, ay başı siz bir dənə kitab çıxartdınız. Elə adın qoyduk, milli düşüncə. Ruznamələr göndərir, çap elədi. 7 dənə məqalə bu həftə göndərdik biz filan məcəlliyə, ya 7 dənə məcəlliyə, 7 dənə ruznaməyə göndərdik, fars dilində farslar da bilsinlər. Biz burada Azərbaycancılığın millisi beləsi düşündük. 7 dənə ruznamə çap elədi. İranda 7 dənə ruznamə hərəsi 1000 dənə nüsxə ilə 7000 nəfər adam bunu oxudu. Biz 7000 dənə gölə daş atdıq. Bu daşlar göldə dairələri salacaq.
mod salacaq, dalğa yaradacaq. Bu dalğalar o adamlardan 7.000 nəfərdən deyək ki, 7'sində bu dalğanı aldılar. Canları bunu aldı. O gözəl fikirdir. Onlar da bu daşı atacaqlar. Olduq neçə nəfər? 14 nəfər. 7.000 nəfər üçün. Onlar da atdılar. Genə də bu dalğa getdi həmin o 7.000 nəfərin içinə. Baxın, istəyirəm deyəm ki, nə cür düşünür? Nə cür düşünək? Fikir otağı bunlar. Bunlar, baxın, mən burada elə düzün axtarsız, hazırsiz gəlməmişdim. Fələt dünən hazırsiz gəlmişdim. Dünənləri məhdətimizə sabahları fikir otağı haqqında danışaq. İnanın, dünən 4 saat danışmışdım. O qədər yorulmuşdum ki, bir cümlə yazamadım. Belə dedim, oturum İranla İsrailin xəbərlərini görüm, xanım gəl. Yorğun. Çox yorğun. 4 saat danışmışdım. Mən keçən 2 ildə təsadüfdən sonra bu cür bir iş görməmişdim. Amma indi də bu cür 3 saat danışmışam. Yəni əlan enerjim yoxdur danışmaq. Amma diqqət buyurun, görün ki, əgər biz keçsək, millətimizi nə cür ayırlarız? Bu da bir fikirdir. Millətimizi nə cür ayırda bildik? Hangi yollarından ayırda bildik? Nə cür millətçiliği, vətənpərvərliği, nə cür millətlərə? Bizim millətimiz əgər şəhərlərinin, diyor, əsən bunu diyor, şəhərçilik pisdir, yoxdur. Şəhərçilik eləmağın faydaları nədir, zərərləri nədir? Milli mənfəətləri nədir, milli zərərləri nədir? Otur, bunda danışaq. Yəni, danışmayaq. Üstündə brainstorm edək, beyin fırtınası yaradaq, töşək bunları mizin üstünə 200 dana buradan cavab çıxsın. 200 dana cavab pisdən, yaxçıdan oturaq bunları dubarı yazaq. 200 dana məqalə, hərəmiz əgər burada 200 dana məqalə yazsaq bir içimizdə, bilirsiniz, neçə cildi kitab yaradarıq? Və kitablar danışıqların əsasıdır. Yəni, dostlar, burada indi 4 nəfər adam var. Lütfən yazın, xahiş edirəm. Əgər mənə eşidirsiniz, yazın. Nəzərdə bu sözlər ki, dedim, calib deyə yox. Yəni, bu işnahatlar ki, verdim, bu iştiyaq. Bunlar calib deyə yox. Bunlara fikirləşmişdik, yəni. Lütfən cavab verin, görək. Məsələn, bu 4 nəfərdən ki, indi bu ələn canlı qulaq asırıq, mənə qulaq asırsınız. Oldu 6 nəfər. Nəzərinizə nədir? Yəni, bunları biz mən danışmalıyam, bunları danışmalıyıq. Bunların üstündə brainstorm eləməliyik. Otaq fikir yaratmalıyıq. Hər kəsən bu cür bir şeyləri yaratmağa hazırdır. Mənim nəzərimdə çox qalibdir. Mənim özümə də təzalım var. Elə bu günləri mən özüm bunları burada fikrə keyf edirəm. Nə yaxdır ki, mən bugün gəldim, sizi bəhanə elədim, burada danışdım, bunlar mənim yadıma düşdü. Mən indi 2 yerdə bunu zəbt edirəm əslində. Bir dənə indi canlı yayın şeydədir, YouTube'dadır. Zahirən YouTube'da da gəlib baxan var, bilmirdim. Burada saatı da göstərir YouTube. 2 saat 45 dəqiqə, 2 saniyədə mən danışırım. Bir dənə də məsələn dostumuz gəldi, bir 5 dəqiqə danışdı. Burada mənim bu zehnilərimdə gələn sorular, pişnihatlar, təkliflər gələn illərdə bunlar fوق-lisans doktorat tezləridir. Bir dana yox. Onlar doktorat tezi bunun üstünə daşımadır. Biz milli demək nədir? Nə cür bir adam milli olar? Şəhərçilik pisdir ya yaxşıdır? Şəhərçiliğin bir dana tez fəqət bu. Şəhərçiliğin müsbət faydaları nədir? Yaxşı faydaları nədir? Çıxarları nədir? Milli çıxarları nədir? Şəhərçiliğin pis çıxarları nədir? Özü tezdir. Tez, doktorat tez. Təşəkkür edirəm. Yusuf bəy yazdı ki, çox calibdir. Mənim də nəzərimə calib. O birisi dostlarımızdan da cavab gözləyirəm ki, görək, onlar nə cür düşünürlər? Dostlar, dediyim kimi, zorum gedir, yoruluram. Amma çalışacağım hər gün gələn bunları danışaq, brainstorm edək, beyin fırtınası yola salaq. İnsanlarımız siyaseti bilaq. Mən də bilmirəm,
Mən də bilmirəm. Yəni, örgəşməyə çalışıram. Dostlar, mən bəzən Türkiyə kanallarında, Türkiyə CNN-də, ATV-də, ya TRT-də, ya neçədən kanalı var. Bəzi bərnamələri var, orada otururam, görürəm ki, bunlar strateji danışırlar. Görürəm, bunlar beynəlmiləl siyasət danışırlar. Neçə saat? 4 saat. Canlı bərnamə, 5 saat. Canlı bərnamə 5 saat. 4 dənə adam oturub burada, Rüzvanlıqar, siyasətmədar, hizb rəisi, Fudan Bəhman. 4-5 dənə adam 4-5 saat bunu danışırlar. O qədər burada örgəşdirəm. Gedirəm orada otururam örgəşdirəm. İnanın. Gedirəm otururam orada. Elə ya burada kompüter açıram ya da televizyon orada da orada açıram. O orada oturur, buradan qulaq asıram onu. Bir şey oxumuram. Fəqət məsələn, bunun üçün kart oynayaq. Amma biz örgəşməyə məcburuq, dostlar. Fikirləmiyor, hər şeyi bilir. Hər şeyi bilsəydik bu vəziyyətdə olmazdıq ki. Əgər biz bu vəziyyətdə eləyədik, heç zat bilmirik. Hər nə bilirik yalan. Əgər, baxın, əgər bir adam deyir ki, mən çox bilirəm, baxsın görsün vəziyyəti hardadır. Mali vəziyyəti hardadır, pulu nə qədər var ki, evi var, eşiyi var, yox. Əgər yoxdur, bəs bir şey bilmir. Əgər işi yoxdur, heç zat bilmir. İş qura bilmir, bir şey bilmir. Əgər bizim vətənimiz bu vəziyyəti biz bilmirik. Yəni bilsəydik bu vəziyyət olmazdı ki. Bilsəydik bilənlərin vəziyyəti nədir? Biz otururuq. Əgər bilənlərin bizim məmləkətimizin fərqi var, biz indi farsların əlinin altına dururuq. Çünki farslar bizdən çox bilirlər. Siyasəti bizdən çox başarıblar. Gediblər ingilislərlə əlbir olublar, bizdən hökumətimizi alıblar. Biz də əvəzinki gedək dünya ilə əlbir olaq, dövlətimizlə əlbir olaq, gəlmişik, dövlətimizin ziddinə Təbrizdə savaşmışıq. Özü də iftixar edirik ki, biz Təbrizdə gəldik, Qacarla savaşdıq. Ay, əcəb, böyük iş görmüsünüz. Çox böyük iş görmüsünüz. Dövlətinizi yıxmışsınız. Farslar gəlsin. Farslar nə qədər bilirmişlər ki, bizi salıblar bir-birimizin canına, biz dövlətimizlə savaşmışıq, onlar gediblər. Özləri də yox, bəxtiyarilərlə, Gilanilərə deyiblər ki, durun gəlin, Yəprim, Ermənilərə deyiblər, Yəprim xanı Erməni, siz durun gəlin, Tehrana alın, biz gələk, hükümət eləyək. Bizim özgə nəmənəsindən damad olublar. Nə çox ağıllıdırlar. Bizim nə ağılımız var? Hancımız bunu düşünmüşük. İndi ələnci bunu dedim, bunu hancımız indiyəcən düşünmüşük ki, biz beləsə eləyə bilər, eləsək, məsələn, eləcür eləyə bilirik, belə eləyək. Desən, yox, biz Türkük, biz şey eləmərik, biz nökər olduq Amerikaya. Biz Türk dünyası Birinci Dünya Savaşından bu yüzə bir dənə fəqət dövlət, bir dənə dövlət. Yarı müstəmirədir, qalanı hamısı müstəmir. 300 milyon Türk milləti var. 20-30 torpaqda vətən sahibidirlər. Birinci Dünya Savaşından bu günə qədər bir dənə dövlətləri yarı müstəmirədir, qalanların hamısı müstəmir. Nə bilirik? Aleyküm salam, əziz və hörmətli dostum. Nə bilirik? Harası bilirik? Bilsəydik bu vəziyyətdə olardıq. İndi bu vəziyyətdə, İranda bizim başımıza vurulur. Mədənlərimiz aparırlar, kətlərimiz boş, şəhərlərimiz boş, pullularımız qaçırlar. Biri də şəhərçilik edir, deyir, o niyə şəhərçilik edir? Şəhərçilik eləməsin, pulu geçsin Tehrana, İsfahanı gəzdilər, qaşına. Biz şəhərçilik eləməliyik. Şəhərçilik əsasında köçüb gəlib şəhərimizdə pulumuzu ora qoymalıyıq. Mən Günas TV-də olanda 3-4 il çalışdım. Bunu heç olmasa Qəradağda nəticəsini gördük, sonucunu gördük. Ağa, Tehrandasan, İsfahandasan, Şirazdasan, Bəndər-Abbasdasan, Simyandasan, Gəzdidəsən, hardasan, o, demirəm qeyd vətəni var. Amma əlində əgər bir yaz pulun var, bunu götür gəlir kəndi var, kəndində bir dana damxa düzər, bir dana villa düzər, bir dana bağ düzər, 10 dana ağac ək, 50 dana ağac ək. Mən burada bir ev icarə eləmişəm, otururum, indiki olduğum yerdə. Dünən saydım 16 dana ağac əkmişəm, keçən illə bu il. Hələ bir il olmayıb mən burada daşımışam. 16 dana ağac əkmişəm. Gedin vətənizdə ağac əkin. Gedin
Gedin və ağacları yandırmayın. Qoymayın yandırsınlar. Dağlarınızı yandırmayın, qoymayın yandırsınlar. Bir baxın görün dünyada dağları nədir saxlayırlar. İnternetiniz var əlinizdə. Gedib bu qızı baxıncan, o qızlar belə bir zərrə burası, orası açıqdır. Orada 3000 nəfər baxıncan. Deyirəm ki, hani bizə qulaq asın. Gedin, görün ki, Çin nədir dağları şey eləyib, saxlayıb. Görün Hindistan nədir saxlayıb. Görün Amerika nədir saxlayıb. Görün Kanada nədir saxlayıb. Görün o birisi yerlər nədir saxlayıb. Hamı ağaca ki, vətəni sən mən qoruyacaq. Göydən adam gəlib vətəni qorumayacaq. Sən şəhərçilik eləməsən, deməsən ki, mənim şəhərimin, baxın, indi Kələkbərlilər bu gün deyirlər ki, Kələkbərdə ağacın sayı Təbrizin 4 qatı olacaqdır. Təbrizin 4 milyon adamı var, bizim 150 min adamımız var. Amma bu 150 minin ağacı Təbrizin ağacından çox olacaq. Təbriz bir ildən sonra zəlil olar, zəlil olar. Necə ki, Kələkbər 150 minlik adamlıq gəldi bizdən, ağacı çoxdur, parçı çoxdur, dağı çoxdur, dərəsi çoxdur. Mən 1-2 il, 3 ildir qarnımı cırıram, Günas TV-də olandan qarnımı cırıram. Dostlar, Urmu gölü fəqət körpü deyil. O Miyanquzar adını qoyub da farsça. O deyil. Urmu gölünün 500 kilometr dövrəsi var. Gedin görün. Axırda dünənləri bu gün yaydım. Dünənləri dostlardan biri gedib Şərəfxana bəndərinə, onda 2 həftə bundan qabaq yenə adım çəkmişəm ki, ağa gedin Şərəfxana bəndərindən, Rəhmanlıdan, oradan, buradan film götürün, görək ki, nə olubdur. Adam gedildi Şərəfxanadan görsədi, Şərəfxana qurudur, quru. Bir qətrə su yoxdur, bir damcı su yoxdur, yağış suyu da yoxdur. Adam mənim teorime gəldi. O Kərdəvani var idi. Kərdəvani. O demişdi ki, Urmu gölün qurudubdur, quruyubdur. Azərbaycanlıları toğlayacaqsın. Çünki Azərbaycanlılar ahmaq millətdilər. Bunları toğlamaq rahatdır. Nə edəcəksiniz? Gözlərinin qabağında bir dənə yekə göl düzəldi. Urmu gölünün vəsəti burduzel aparın, torpağı qazın, tökün bir dənə göl edin. Bunların gözləri gördükləri yeri deyəcəklər göldür. Oranı qoyun, orası doldurun, qalan yeri üstünə torpaq tökün, çəmənək. O demişdi. Amma bunlar da inədilər, bunlar gəldilər bir ayrılış gördülər. Dedilər ki, Azərbaycanlılar çox axmaqdılar. Onlar deyirlər. Gəldilər Urmu gölünün 1-2 kilometr, çox yox. O körpünün dövrəsindən 2-3 kilometr oradan çıxıb baxanda bir ayrı yer görsənmir. Oranın dövrəsində torpaq tökdülər belə. Səngər kimi qazdılar, tökdülər bura. O burduzellər orada nəyə işlərdilər? Fəqət duz sıxatmırdılar ki. Onların işi budur ki, sizi məni toğlayarlar. Nədir? Gətirdilər bir onu böyük göl düzəltdilər. Məsələn, o gölün, Urmu gölünün böyüklüyü 55.200 kilometrdir. 5.200 kilometr. Yəni nə mənə? Yəni eni 1000 kilometr, boyu 1000 kilometr, eni 1000 kilometr, boyu 1 kilometr. Bu oldu 1 kilometr. 55.200 dona beləsini götürün, qoyun bir-birinin dibinə. Bu Urmu gölünün böyüklüğüdür. Onlar gəldilər bunlardan 10 donasını düzəltdilər bizə. 10 dona bunlardan qoyublar bir-birinin dibinə. Urmu gölünün bu tərəfdən gözümüz işləsin, o tərəfdən də işləsin 10 kilometr. Bizim gözümüz 10 kilometrdən çoxu görməz, görə bilməz. İlla ki, çıxaq təyyarə ilə göydən baxaq, onda görərək. Onu qoyublar, oranın dövrəsini doldurublar, yəni 10 kilometr belə, 10 kilometr belə, 10 kilometr belə. Yap beləsi. 10 kilometr də deyil. İnanmıram 10 kilometr. Mənim nəzərimə 4-5 kilometrdən izafə çıxmaz. O geçə dedim, bunu biləsiniz ki, yəni bizi toğlamağa nə ediblər? Gəliblər, burada bir xəndək kimi yarıblar, belə torpağı tökdülər bura. Bura 2 metr ucalıqda aparıblar göyə. Torpaq səddi vurarlar. O cür səddi vurublar dövrəsinə. İndi su hardan gəlir? Gətirirlər burada körpünün altına. Biz oradan gedirik, düşürük, qaçırıq. Dostların bəzi cəsarət edibdir, girib içəriyə göstərib nə qəddir, bəzi ayağının harasınacan çıxır. Bir iddəsi maşınla gedib ki, mən buracan gəlmişəm, maşın içində, maşının təyərimin yarısına çıxmır. Amma biz necə? Adamlar gedirlər, orada 2 damcı su görürlər, vay, Urmu gölünə bax. Bu qədər sadə millət, bu qədər bizi toğlaya bilirlər, bu qədər toğlanmağı sevir o. Bu qədər tovlanmağı sevir. Kasıb
insan, beyni zəif insan tolanmağı sevir. Biz də tolanmağı sevir. Oradan bəllidir. Biz kasıb ol. Beynimiz işləmir. İndi bu günləri mən çalışırdım beynimizi yola salmaq yolunda. Fikir otağı, düşüncə otağı dostlar. Şeydir. Düşüncə otağı fikir otağı düşüncədir. Nədir mən düşünüm, nədir baxım, nədir görüm, nədir sual eləyim. Biz oraca etməliyik. Biz sual soruşmağa öyrəşməliyik. Sənlə mən həmvətənik. Dilimiz bir, dinimizlə işimiz yoxdur. Dinimi mən çıxartdım, qoydum yerə. Bu mənim dinim idi. Çıxartdım, kravatını çıxartdım, qoydum yerə. Çünki din kravat kimi bir şeydir. Boynuma bağlarsan, biri də yapışsa, çəksə boğularsan. Din belə bir şeydir. Dini dəyişdirə bilərsən. Mən dünənləri qırmızı bağlamışdım, bu günləri ağ bağlamışam, sabahları da qıyafət bağlayacağam. Din belə bir şeydir. Amma sizinlə mənim dilim birdir, qanımız birdir, yurdumuz birdir, vətənimiz birdir, geçəcəyimiz birdir, gələcəyimiz bir olacaq. Biz bir-birimizi hürmətlə təşkilatlarımızla. Əgər bir dənə farsdan soruşduq ki, sən niyə mənim vətənimdə belə elirsən? Türkçəcə deməyəcək, Türkçə deməyəcək ki, selamünaleyküm. Çox hürmətli, sayğılı dostum. Uca səsinə danışmayacaq. Mənim böyüyüm, mənim ustadım, mənim yoldaşım, mənim vətəndaşım, mənim dildaşım, mənim dərddaşım. Sən də mənə tay dərd çəkirsən, mən də sənə dərd çəkirəm. Biz neynəməliyik? Nə cür bu vəziyyətdən çıxmalıyıq? Nə cür milli olmalıyıq? Nə cür milli düşünməliyik? Nə cür milli davranmalıyıq? Bir dənə millətin 80 min nəfər, 100 min nəfər dillə getmiş traktora. Bura gedin 6 nəfər. 6 nəfər. İndi bir dənə orada bir qız başını açsın. 100 min nəfər orada olacaq. Bunun harası milli düşüncə? Siz mənə bunu deyil. Milli düşüncədə nə dərkimiz var? Nə düşüncəmiz var? Bunlar bizim dərdimizdir. Bunları danışaq. Yoxsa o hizbi, bu hizbi həmlə eləmək çox rahatdır. Mən də həmlə edərəm. Həmlə edək ki, nə olsun? Onlar bir şey qurublar. Mən bir şey qurmuşam. Onların qabağında bir şeyim var verəm. Bir şey qoymuşam uyduna. Axı o adam həmlə edər ki, deyir, mən də bunu mən qoydum uyduna. Mən deyirəm, bu qələm pisdir. Yoxsa dərdə dəyməz. Ancaq qələmim var. Qələm verirəm. Bunu demək ki, pisdir, okey. Mən də deyirəm pisdir. Tamam, hamımız dedik pisdir. İndi niyə alternativ nədir? Alternativ nədir? Rəqabəti bilməliyik dostlar. Rəqabət nədir? Rəqabətsiz bir millət sınar, yatar. Biz Qacar dövründə niyə sındıq üçün rəqabət yox? Biz Osmanlı dövründə niyə sındıq üçün rəqabət yox? Bizim hakimiyyətimizdə rəqabət olmadığı üçün rəqabət eləmədən silah götürdük, Qacarı yıxdıq. Biz silah götürüb birini özümüz... Baxın, dostlar, dünən bunu dedim ki, burada da bir xülasə deyim. Biz, Farslar, bizim dövlətimizi, bizim əlimizlə yıxandan sonra Qacarı. Dünən necə deyirlər məşrutə, gəldilər deyirlər ki, istibdad-ı sazəndi. Diktatoriya tavsiye tələb. Moderniyyət nə mənə? Yəni demokrasi, onları məclis, onlar üçün bizim dövlətimizi yığmağa bir hədəfidir. Biz neynədik? Biz əvəzincə ağıllı olaq, öz millətimizin yanında duraq. Yaxşı, mənim dövlətim müstəbiddir, mənim dövlətimdir, amma mənimdir.
Bunun mənfəəti mənə gəlir. Fars mənə nökərdir. Mən ona nökər deyirəm ki, mən yaxşıdır ki, müstəbiddə. Çünki onu saxlamışam. Amma biz müstəbid deyildik. Bədbəxtlik budur, biz müstəbid deyildik. Osmanlı müstəbid deyildi. Siz bilmirsiniz istibdad nədir? Siz bilmirsiniz istimar nədir? Çünki daşırsınız içində balıq kimisiniz ki, girmişsiniz bir suyun içinə, bu suyun içində zəhərli suyu udursunuz, bu dünyada bundan gözəl su olmaz. Çünki ayrı su görməmişsiniz ki. Axı su görməmişsiniz ki. Mənim yadıma gəlir, biz kənddə gedərdik suyu içməğa, zəli dolu olardı suyun içi zəli ilə. Onu biraz pilərdik o üzbüyüzə, oradan içərdik. Ay, dünyanın ən gözəl suyu, nə sərindir. Olan nə gözəl suyu. Zəlili suyu, qurtlu suyu, suyu, inək içdiği suyu içirdik. Üstə üz üstə şab edirdilər suyun içinə, işirdilər. Mallar, heyvanlar, adamlar özlərini yuyurdular, təharət alırdılar. Biz də aşağıda onu içirdik. O kətdə yuyur, bu kətdə içir. Bunun harası değişdi, harası cəhənnəmdir, harası cənnətdir. Amma bunu adama deyəndə, sən mənim filan bulağıma söyüş elədi. Sən mənim suyum. Yox, söyüş, sən söyüşün altında yaşırsan. Mənim söyüş eləməyimə ihtiyacın yoxdur ki. Bunun üçün biz bunları düşünürük. Mən sizlərdən xahiş edirəm. Hər kəsin getsin, tanıdığı dostları ilə bir fikir otağı olursun. Bir dənə kitab oxuyun. Dostlar, Farsı romanları oxumayın, Farsı kitabları oxumayın oradan kimi. Çünki bunların hərəsi, hər kəlmə bir güllə. Baxın, bir güllə var, tüfəkdən çıxar, vurar adama, adam yaralanır, adam ölər. Bir də kəlmə sözdür. Söz bu beyinə girər. Bu beyində hər söz ki, bura vursa bir mıxdır. Məsələn, deyir ki, baba abdad, baba bir mıx, ab bir mıx, dad bir mıx. Amma Fars mıxıdır. Bunlar vuruldu bura. Siz hər kitabı ki, oxursunuz, onun hər kəlməsi bir mıxdır sizin zihninizə vurur farslaşmaq üçün. Bax, bunu mənə deməmişdilər. Mən özüm indi 2 il çalışıram, Farsı kitab oxumuram. Çünki neçə İlkin Gündüz TV'də danışandan sonra, yazandan sonra özüm baxın, məndə bir İrançılıq var, azdan çoxdan. Çoxdur, az deyil. Yəni, mən ayrılmış bir adamım, özümə ayrılmış bir adam deyiləm. Bəzi dostlarla danışanda görürəm ki, nə deyir, mənim düşüncəmi əvvəlcə cavab verirəm, sonra gedirəm çünki, ola, mən niyə bu adama cavab vermişim? Düz deyirmiş ha. Geçən həftə yox, o birisi həftə Oğuz bəylə bəhsimiz var idi burada canlı yayında. Bəhsdə bir şey gəldi, danışdıq. Qəbul eləmədim əslində. Getdim, gecə götürdüm, yazdım ki, Oğuz bəydən bir şeylər öyrəşdim. Elə həman videosunun altında qoydum ki, mən Oğuz bəydə bu bəhsdə bir şeylər öyrəşdim. Bildim ki, yanlış anlayıram, yanlış düşünürüm. İzah yoxdur ki. Biz hər dəfə özümüzü islah eləməyə, özümüzü dəyişdirməyə hazır olmalıyıq, bu yola getməliyik. Qurur o zaman yox, mən öyrəşdim. Onun üçün mən deyirəm, mən nəzərim daimən dəyişə bilər. Çünki mən hər gün bir şey öyrəşirəm. Öyrəşən insanlar niyə məsələn bəzi adam təhlil edir, deyirsin ki, onun təhlili çox qəşəng. Çünki onun əlində çox məlumat var, onun üstündə çox ittiliat toplayıbdır, oradan olubdur, bu elə bir qəşəng təhlil edir. Məndə o ittiliat olmadığı üçün təhlil verəm mənəm. Məsələn, dostlar dedilər, İsrailə görə danışaq, ya təyyaralar filan təyyarəyə görə danışaq. Dedim, mən danışa bilmərəm, mən Türkiyənin təyyaralarını görürsə, bilmirəm, danışamarım. Axı, dərdə dəyməz ki, mən niyə gəlim burada bir şeyləri danışım, ya bir şey deyim ki, əslən bilmirəm mən. Bəzi şeylərdə dedim, bax, bu gün burada danışa-danışa mənim zehnimə fikirlər gəlir. Çünki insanlar danışanda fikir gələr. Danışıq da içir jürədir, dostlar. Bir uca danışırsan, qışqıra, fikirləşirsən ki, mən indi əvvəl sizinlə ki danışıram, bağıra fikirləşirəm. Bir budur. Bir də vardır ki, düşünə bağırıram. Nədir? Yəni, içimdə bağırıram, danışıram. Lalama ağzım danışmır, amma içimdə qoğadır danışıram.
Bu o zaman olur ki siz öz canınıza, tək canınıza yol yerirsiniz, ya tək canınıza yazı yazırsınız, ya tək canınıza düşünürsünüz. O zaman. Ama o zaman ki danışırsınız, onda düşünürsünüz. Bunun üçün mən birdən taza bir fikir gəlir zehnimə, deyirəm, elm beləsi tolid olar, elm beləsi ürətilir, elm beləsi ortaya çıxar. Və bizim millətimiz elmisiz, cahil bir millət. Biz cahil millətik. Əvvəl gərək bunu qəbul edək ki, cahilik. Cahil olduğumuz üçün dövlətimizi yıxmaq, Farslar bizi qurublar, biz dövlətimizi yıxmışıq, dövlətimizi məşğul eləmişik, dövlətimizə Osmanlı dövlətinə xəyanət eləmişik. Osmanlı yıxılıbdır, türklərdən danışıram, yəni özümüzdən danışıram. Bunu biz eləmişik. Farslar bizi əllərində oynadıqlar. Səttarxan, Baqirxan, filan kəs, Bəhman kəs, bunlar olublar, onların əli oyuncağı Türkiyə dövləti, Qacar dövləti məşğul eləmişik. Farslar gediblər, özləri də yox. Fars yoxdur. Gedibdir, lorlara, bəxtiyarlara deyib ki, siz gəlin. Buradan da gedib Gilanilərə deyib, siz gəlin. Oradan da Yəprimxan Erməni Yəprimə deyib ki, siz gəlin, gəliblər. Bunlar deyiblər, gəlin, Tehranı alın, tamam. Mən rəis olacağım. Mən rəis olacağım. Siz gəldiniz, bura savaşdınız, 3 gün Tehranda savaşıblar. Bizim dövlətimizin gücü Tehranda savaşır, Təbrizdə də savaşır. Təbrizdə indiyəcə kefir, inqilab məşğul. İnqilab məşğul Təbrizə xatlaydı. Təbrizdə nə olubdu? Nə inqilabı məşğultəsi? Nə inqilab məşğultəsi Təbrizin xəbəri olmayıbdı. Tehranda 4 dana molla, 2 dana framoson oturublar, etisab ediblər. Gediblər İranın, İngilistanın sifarətində nahar yiyiblər, şam yiyiblər. Sən Təbrizdə nə inəmsin? Heç fəqət durumuzun qacarı yıxmaq. Güllə götürübsən, buradan cahil ol, cahil. Əvvəl cahilliğimizi qəbul eləyək, sonra bilək ki, cahil ol, cahillikdən çıxmağın yolunu axtaraq. Bir dana otağa fikir gərək ola, bir dana yox, 1000 dana gərək otağa fikrimiz ola ki, deyəm, biz cahilliğin əlaməti nədir? Cahillik nə deməkdir? Biz cahillikdir yox. Cahil olmamaq üçün nə etməliyik? Hardan başlamalıyıq cahillikdən çıxmaq üçün? Ondan sonra qapılar açılacaq üzümüzə. Ondan sonra yavaş-yavaş deyəcək ki, ey kaş Osmanlı qalıydı bizi işğal eləyib. Ey kaş Qacar qalıydı istibdad olaydı. Çünki mənim heç olmasa hökumətim var idi. Fars mənim nökərim idi. Mən ki Farsın nökər deyildim. İranın hər şeyini biz sümürürdük. Əgər başarsaydıq ki, sömürürdük dərsifane. Nə nəft var idi onda, nə qaz var idi, nə də bir şey var idi. Amma biz sümürəcəkdik qalsaydı da. Niyə qoydu Farslar sümürdü? Bu qədər ahmaq bir millət. Cahil bir millət. Dünən dedim dostlar, bunu deyim qutarım. Burada deyim qutarım. Biz oldu neçə saat? 3 saat 10 dəqiqə. Dünən dedim. Məsihiyyət dünyası neçə dana imperatorluq qurdu keçən 1000 ildə? Neçə dana? Heç birisi də uzun ömr eləmir. Dünyada o imperatorluqlar çox uzun ömr eləməzlər. Qanun. İlla. Keçir imperatorluq. İspanya imparatorluğu 100-150 il ömür eləyirdi. Kristof Kolomb. Portugal imparatorluğu elə o da 150 il. İngiliz imparatorluğu o da 150 ildən az ömür eləyirdi. İki ad illər torpaqlarında gün quru çıxmazdı İngilistan imparatorluğu. Özü indi bir cəzirədir. Amma hələ belə imparatorluq sistemi saxlayıb ha. Osmanlı İmparatorluğu 600 il imparatorluq eləyirdi. 600 il dünyanın baş gücü oldu. Və sonra içindəki, onu deyəcəkdim. O Məsihi dünyasının imparatorluqları hamısı bir hədəfə gəlirlər. Bir hədəflər var. Nədir? Hangi torpağı işgal edirik, onların dilləri bizim dilimiz olacaq, dinləri də bizim dinimiz
dinimiz olacaq. Tarixləri bizim tariximiz olacaqdır. Hər şeyləri bizim tariximiz olacaq. Biz olacaq. Biz olacaq. Bizim fotokopumuz olacaqlar. Bizim əksimiz olacaqlar. Onlar bizim nökərimiz olacaqlar. Onlar işləyəcəklər, biz yaşayacağıq. Gəliblər Latin Amerikaya, gəliblər Güney Amerikaya. Hamının dilini eliblər İspaniyalı. Paltarlarını eliblər İspaniyalı. Tarixlərini eliblər İspaniyalı. İqtisadları. Tamam bunlar nəmmənə işləri, gücləri var, düzəldiblər ki, göndərələr fəqət onlara. Müftə alıblar, orada keçiniblər. Şefə, imparatorluq qurublar. Çünki İspaniyanın nə qədər cəmiyyəti var idi. İngilizistan hamısı yıxsaz Urmuc gölündən biraz geçər. Urmuc gölündən biraz geçər İngilizistan. Nə qədər cəmiyyəti ola bilərdi 100 il, 150 il bundan qabaq? 2 milyon, 1 milyon, 3 milyon biləsi. İndi də cəmiyyəti ki vardı, o cəmiyyətin yarısından çoxu o birisi millətlərdir gediblər ona. İngilisdə hesab olunurlar. Cəmiyyəti yoxdur ki. Ağlı var. Dünyanı toplamışdı məlumatı, onun dünyanı saxlayırdı. Hər yerə gəlib Kanadaya adamları öldürüb ikinci hamısının dilini dəyişdirib İngilisiyə. Osmanlı gelib alıb, Qacar alıb, Gürcüyə deyib, sən Gürcüsən, dinin də saxla, imanını da saxla, torpağı düzün, fəlçəyin düzün, sən mənə mağliyət. Ermənini alıb, o düzsün. Kürdü alıb, o düzsün. Ərəbi alıb, o düzsün. O birisini alıb, bu düzsün. Qırğız, hər yerə gedib, o cür eləyibdir. Rusu alıb, beləsi. Amma onlar üzr eləməyiblər. Onlar sürüblər. Beyinlərin, malların, qazandıqları malların, yerlərin, torpaqların, suların, ağaçların, güllərin, yarpaqların, bunlara da belə sümürüblər aparıb. Gücləniblər. Və bir Məsihiyyət dünyası ki, ömür boyu o dilin altından çıxamayacaq, o tarixin, o beyin yıxamağın altından çıxamayacaqlar. Qacar, xüsusən Qacar çox güclü bir dövlət deyildi. Osmanlının bir parçasıdır, içində bir parçadır, müstəqil dövlətlərindən biridir. Mənim nəzərim belədir. Osmanlı hər yerə gedibdi, deyibdi ki, siz fəqət mənə maliyyət verin. Diliniz özünün, diliniz şahız da qoyun, qalsın, diliniz özünün, dilinin, tarixi özünün, təhsil sisteminiz özünün, hər şey sizin özünün. Osmanlılar, İspaniyalılar gəliblər, Andalosu alıblar, deyiblər ki, öldürüblər, deyiblər gedənlər geçsin, qalanlar bizim dilimizi, dinimizi qəbul edəcəklər, məscidləriz, kilisi olacaqdır, ibadət həqiqiz yoxdur, gecə yatanda da, qışda da, qapılarınız açıq qalacaq ki, biz girib görək ki, siz evinizdə nə iş görürsünüz? Dadgah Enkizisyon deyirlər ha, onu Avropalılar üçün düzəltməyiblər, onu bizlər üçün düzəltdilər. Bizləri orada ibadət edir, türkü danışır da yox, ərəb danışır da yox, namaz qılır da yox, onlar ötürü düzəldiblər. Mən ona görə dedim, bu bir dana təhqiq məsələsi qoydum ortaya, bunu ingilislərə də bir iki nəfərlə danışmışam, demişəm ki, Enkizisyon dadgahlarının səbəbi budur. Avropada ki, Qurunuvuzda adamları yandırır da, onun səbəbi budur. Bizləri, türkləri, müsəlmanları istədilər ki, deyələr ki, bunlar gərək müsəlmanlıqdan çıxalar onun üçün və hər kəsi türkçə idilər, o cüsü mühakimə edilər, yandırırdı, öldürürdü. Dedim, acaba qalilə, o birisilər ki var idi, odda yandırırdılar, bunlar türk ya müsəlman imişlər. Əslində bunlar bundan imiş. Çünki bunlar hər kəs onlardan fərqli düşünürdü, onları yandırırdılar. Və onlar iki müsəlmanıdır, onları yandırırdılar. Məsihlərlə işləri yox idi. Məsihlərlə işləri olsa bir belə filosoflar var o dövrədə. Onları gərək yandırırdılar. Niyə onları yandırmıyorlar? Niyə qaliləni filanı yandırıblar? Çünki mənim nəzərimə gəlir ki, ehtimalən bunlar türk və müsəlmanmışlar. Və Enkizisyon dadgahı ki, demişdi, qapılarınız açıq olsun, bizim gəliblər görürlər ki, bunlar ayrı bir şeydə danışırlar. Biz belə eləməmişik. Amma kaş eləyirdi o. Kaş bizim Osmanlı dövlətimiz qalıydı, o böyüklükdə imparatorluğumuz olaydı. Dünya bizim məhnizimizin altında olaydı, bizə piştuturumuz olaydı. Amma dövlətimiz olaydı. Biz ağa olaydıq, onlar nökər. İndi onlar ağadılar, biz nökər. İndi nə demokrasimiz var, nə azadlığımız var, nə liberalizmimiz var, nə marksizmimiz var, heç birimiz yoxdur. Heç bir şeyimiz yoxdur, nökərdən də şahı yox. Müstəmrə, dinimiz də müstəmrə, dilimiz də müstəmrə, iqtisadımız da
müstəmirə, yeraltımız da, yer üstümüz də, suyumuz da, torpağımız da, heyvanımız da, quşumuz da. Təbrizdə yadıma gəlir, mən o zaman orada xəbərini olanda, yadıma gəlir, iftixarından biri bu idi ki, biz xaricələrə icazə veririk, gəlsinlər, Təbrizdə gəlsinlər, heyvanları vursunlar, birinə $1000 bizə versinlər. Bu da böyük xəbər idi. İstimar buna deyirlər. Adamlar, mən xaricəlilərə icazə verirəm, gəlsinlər, gəlsinlər, Azərbaycanın heyvanlarını vursunlar, mənə $1000 versinlər. Biz də sümürcə insan olduğumuz üçün onu xəbər elədik. Heç birimiz durub dahi demədik, ustandar, fərmandar, filanca, sənin nə haqqın var mənim heyvanımı öldürəsən? Sənin nə haqqın var $1000'dan ötürü mənim heyvanlarıma icazə verəsən? Məgər mən bu qədər müstəmir olmuşam. Amma müstəmirə nədir olur? Müstəmirə bilir olar da. Müstəmirə bilir bu. Etiraz eləmədik, heç xəbəri vurduq. Azərbaycana pul gələcək. Mənim yadıma gəlir, Urmu gölün qurudanda əvvəl bizə belə dedilər. Dedilər ki, buranın Artemiya, Urmiyası var ha. Onu Japonlulara satırıq kilo falan dolara. Bir dünya pul gələcək Azərbaycana. Biz də sabitlik gəlmiş, xəbərliklər olaq, bilmək yoxdur. Cahil olası. Bilmirik ki, farslar bizlə nə oynurlar, hədəfləri, amaçları nədir? Çünki brainwash eləyiblər bizi. Biz düşünmürük, biz brainstorm edəmirik, biz beynimizi işə salmırıq ki, görək bunların hədəfləri nə ola bilər? Gəldik, dostluq, Azərbaycanlı, Urmu gölü çox mühümdür. Həm suyu var, həm də ki, bunlar gələcəklər, şey eləyələr. Burada şirkət qoyacaqlar, bu heyvanlar ki vardı, bunları şey eləyəcəklər, satacaqlar Japonlara, pul gətirəcəklər, dolar gələcəklər. Nə dolar gəldi Azərbaycana, nə bir şey. Əvvəl bizi razı saldılar ki, heyvanı öldürək, sonra razı saldılar ki, biraz bunu qurutsaq, heyvanları rahat tutarıq. Sonra da dedilər ki, gedin şey dalırsın. Aşıq oynamağınızı da azdır. Sizin aşıq oynamaq vaxtınızdır. Doğru, stratejiləri başlatdınız dursa. İki dana da bugün strateji dedim. Farslar nədir? Bizi işlətdilər, dövlətimizi yıxdıq. Dövlətimizin başını yıxdıq. Dövlətimiz gəldilər. Bəxtiyarilərlə şeyi də gətirdilər. Farslar, doğrularla erməniləri, şumallarla erməniləri gətirdilər. Dövlətimizi, bizim dövlətimizi yıxdılar. Bizim dövlətimizə nə bəxtiyarilər ağ oldu, nə şimalilər, nə ermənilər, farslar ağ oldu. Bizə də hiss vermədilər. Sərdarxanı Təbrizdə qırmalı idilər. Necə qıracaqdılar? O mücahidlər ki var idilər, savaşırdılar, ha? Pul almışdılar. Onlara dedilər ki, Tehrana sizin işimiz var. Apardılar orada, sən sərdar milli, sən də salar milli, sən silah hüquq verəcək məclisdən. 2 aydan sonra dedilər ki, silahlarınızı verin, öldürürüz. Vermədilər, hamısını öldürür. Hamısı qətlam oldu. Qətlam. Bizim birinci qətlamımız məşrutədə başladı. Mən həmişə bunu bilmirdim, bunu da bu gün bildim. Bunu bu günləri, burada sizinlə danışanda bildim ki, qətlam idi. Biz məşrutədə Tehranda qətlam oldu. Bizi çağırdılar Tehrana. Bizim südümüzün, toplumumuzun qaymağı, ağıllıları, mübarizləri getdilər Tehrana, hamısını qırdılar. Sonra da məşrutədə qırdılar, terrorla qırdılar. O da bir qətlamdı. Məşrutədə farslar nə edilər dostlar? Terror qrupları yaratdı. Framasonların hocası ilə. Və onunla, yenə bunların hamısını dünənki videoda, 4 saat videoda danışmışam. Çox uzun danışmışam. Bunları danışmayayım. Görürsünüz. Cahillik bizim başımıza nə gətirir? Hələ mən indi istəyirəm, indi bilirəm, məşrutədə də mən qətlam olmuşam. Və hələ deyirik ki, qətlamı görək nədir, mən eləyə bilirik. Qətlamda deyiblər, gəlirlər, burada arvad uşağı öldürər. Yox, arvad uşağı öldürmək lazım qətlam deyil. O zaman ki, sənin düşünən fikrin öldürdülər və sən qorxdun, daha təslim oldun. Elə qorxduq, qətlamı elədilər bizim məşrutədə Sərdarxanla gedənlərlə. Elə qorxduq ki, dövlətimizi yıxanda cıqqırımız sıxmadı. Hamımız, bəli, Rıza Şahı, Təbrizdilər, Rıza Şahı paşaxlığa getirən Təbrizlilər oldu. Təğyirzadələr oldu. Tamam, Təbrizliləri demirəm, amma o başda gələnlər ki vardı, qaymağın başında qaldılar, əbrişəm dəsmal götürmüşlər, ipək dəsmal götürmüşlər, əllərdə farsları yağılırdılar, oradan framasonlarla işləyirlər, framason idilər. Onlar bizim hökumətimizi satdılar, dəsmala. Zindanda bir sözə söz vardı, deyirdilər ki,
Adamı satarlar siqar külünə. Yəni siqar külünə dəli dəyməz ki. Heç kəs onu saxlamaz. Amma bəzi adamı satar siqar külünə. Biz dövlətimiz satdıq. Farslar bizə desinlər ki, bunlar məşrutəçi idilər, bunlar inqilabçı idilər, bunlar demokrasi idilər, bunlar əvvəlin hadılar. Dünyada əvvəlinlər idik ki, bu da mənim təzə fikir gəlir zehnimə. Əvvəlinlər idik ki, dövlətin yıxıb. Əvvəlin millət ki, tarixdə öz dövlətini yıxıbdı, gedib deyibdi, gəlin mənim boynuma boyunduruq salın, özünüzə farslar bizi qul eləyin. Nökərlərimiz gəldilər bizə, özümüz nökərimizi çıxartdıq başımıza. Sən gəl ağa ol, mən gedim nökər ol. Birinci, əvvəlinha Təbrizdir. Əvvəlinha başda gələn birincilərdən Təbrizin budur. Öz dövlətin yıxıb, dövlətsiz bir milləti getirib özünə dövlət eləyib. Sonra da deyib ki, sənin dilin mənim dilim. Mən öz dilimi çıxırım. Mən Türk deyiləm, sən deyənəm. Başımıza çox daş düşübdür. Bilmir o. Hələ durmamışıq burada. Hələ mən indi burada sizinlə danışa-danışa beynim düşür işə. Axı deyir ki, bəzi motorlar var, işə düşməzlər, zora salmaq da. Onları salsan, işə salsan, beləsi düşdüksə onu saxlamaq olmaz. Beyin də beləsi, əvvəl yavaş-yavaş qızışdıqca işdir. Qızışdıqca işdir. Qədim trellərdə də bu cür idi. Motor qızışmazdı, tiraq aparardılar, yandırarlar, motorun altına qoyardılar, yandırardı, onu yavaş-yavaş içərdən açılıydı, bu treli düşəydi işə. Sonra da maşın qızışdıqca işlərdi, yol gedərdi. İndi biz də o cürük. Mənim özümü deyirəm, sizləri demirəm, biz deyəndə özümü deyirəm. Mənim indi 3 saatdan sonra yavaş-yavaş beynim düşür işləməyə. Amma yorulmuşam axı. Gözlərimə də baxsınız, görərsiniz, yoruluq. Özüm ki, acısını görürəm, sizlər bəlkə rəngin görərsiniz, qızarmışın acını görərsiniz. Amma indi beynimiz istəyir düşsün işə, biz belə bilirik. Əvvəl uzarıq, sonra düşünərik. Məsihlər deyiblər ki, Məsihlər deyiblər ki, ermənilər deyiblər, müsəlman ikinci ağıl. Biz hələ birinci ağıldan ayrılmamışıq. Hələ başımız, o ölü deyərlər, ölür yuxudan qəbirdə durar, başı deyərlər, hədə aylar görər ölübdür. Biz hələ ayrılmamışıq. Bizim dostlar, təşəkkür edirəm, sağ olun, var olun ki, buradan gəldiniz, getdiniz, qulaq astınız. Umarım ki, eləyə bildim sizlərə yetirəm. Fikir otağı nə deməkdir, nə cür qurmaq olar, nə cür işləmək olar, nə cür eləyə bilərsiniz, yaradasınız, nə cür eləyə bilərsiniz, başlayasınız. Müntəzir olmayın, biri sizə fikir otağı yaratsın. Hər kəs özü, hər yerdə varsa, özü fikir otağı yarada bilər. Siz lider ola bilirsiniz. Siz çalışın. Baxın, arzu qurun. Arzu qurun ki, mən istəyirəm məmləkətimi müstəqil edəm, rəis cumhur olam. Mən bir dostumla danışırdım, dedim ki, bizim mərzimiz haracandır. Dedi ki, sən mərzini filan yerə qoymasan, oradan dalı oturdanda sən gələrsən deyə Tərbiz səfərçisi qalar sənə. Sən istəyirsən ki, Tərbizi Azərbaycanı, indiki Azərbaycanı saxlayasan, gərək ki, sən filan yerə can alasan ki, bir mövqe güclər sənə zor gəldilər, dalıya oturdun, gəlib laqəl vətənin mərzində qala biləsən. Çox sağ olun, təşəkkür edirəm. Dostlardan ikisi, üç tazı söz yazdı. Bunları da oxuyayım gedim. Yaşasın əziz qeyrətli millətçilər və üzərində hörmətli, qeyrətli, İrəc Paşapur bəyim. Sağ olsunlar. Xoş gördük Fərhad bəy. Bunların heç birisini tanımıram, dostlar fəqət yazdı. Ustadcan lütf eləyin, İrəc Paşapuru bəyim gətirin üstə danışsın. Sayın İrəc Paşapur gözəl və hörmətli millətçidir. Paşapur bəyləri mən görmürəm. Əgər siz görürsünüz, buyurun gəlsinlər, mən görüm haradadır. Yəni, istəsələr danışalar, burada əlamət versələr, bilmirəm, mən başarmıram bunları. Bir də görsəm, burada vardılar, çağırıram, amma mən görmürəm. Adlarda da baxıram, mən İrəc adında bir adam görmürəm. Görsəm, çağırıram, amma görmürəm. Neçə dənə adam üstə baxdım, 10-15 gün getdim üstə yazılardan. İrəc adında bir adam görmürəm. Amma əgər köylü olsa, istəsə, mən istəyirəm yavaş-yavaş sizdən həll anlaşam gedəm. Dostlar, acı danışdım. Millətimizi cahilliğə müttəhəm elədim.
Amma inanın mənə, millətimiz cahil. Millətimiz yox, mən cahiləm. Biz cahilliğimizin qurbanını çıxmışıq. Demişik və çox bilirik, amma bilmirik. Bizi oynadıblar. Bizi yaxşı oynadıblar. Çalıblar, oynamışıq onlar üçün. Savaşmışıq onlar üçün. Özümüz öz əlimizlə ağzımızdan çörəyi çıxartmışıq. Demokrasi istiyoruz. Demokrasi deyə hökumətimizi əlimizdən almışıq, vermişik faşistlər. Biz belə bilmirik. Bu qədər cahil. Və bilmirik. 4 nəfər də istər çalışsın, həmlə ediyor. Təşəkkürlər, sağ olasınız dostlar. Hamıza can sağlığı arzulayıram. Vətən dostum, siz mənə alov vurdunuz. Mənə od vurdunuz, mən danışdım. Çox da danışdım. Çox sağ olun ki, bu odu mənə vurdunuz. Hər gün gəlin mənə bir od vurun. Qoyun mən biraz coşum. Zahirən beyin coşmaq lazımmış. Bir nişatır lazımdır mənim beynimə. Biraz düşünün. Təşəkkür edirəm. Gecəniz xeyrə qalsın. Sağ olun dostlar. Görüşərik. Görüşmək umuduyla. Sağ qalın. Duamızı eləmək. İlahi və Rəbbi, bizi bu cəhalətdən çıxmağa yardımcı ol. Biz bilaq ki cahiluq, biz bilaq ki uduzmuşuq, biz bilaq ki bilmirik, biz bilaq ki vətənimizi işğal, özümüz vermişik işğal eləsinlər. Bilaq ki bizi oynamışıq düşmənin nəfinə. İlahi, bizi bu yerə yetir ki, bilaq vətən nədir, millət nədir? İlahi, bilaq millətçi necür olmaq olar, vətənçi necür olmaq olar? İlahi, bizə vətən qeyrəti, millət təəssübü, vətən təəssübü inayət elə. İlahi, vətənimizə yağış yağdır, sularımızı, göllərimizi doldur. İlahi, neymətin gəlsin, yeraltı sularımız dolsun. İlahi, meşələrimizi abad eləməkdə, çöllərimizi abad eləməkdə, heyvanlarımızı, canavarlarımızı, qurtlarımızı, aylarımızı, quşlarımızı qorumaqda bizə yardımcı ol, bizə ayıld. İlahi, dövlətimizi qurmağa, vətənimizi qurmağa, istiqlalımızın yolunda savaşmağa, öldürməğa və ölməğa bizi hazır elə. İlahi və Rəbbi, bizi bir-birimizə yaxınlat, bizi bir-birimizə hörmət qoymağa, bir-birimizə ehtiram eləməğa, bir-birimizə dostluqla, yoldaşlıqla, qardaşlıqla, bacılıqla, nənəliqlə, dədəliqlə bir-birimizə yanaşmağa, bir-birimizlə danışmağa, bir-birimizi düşünməğa köməklik elə. İlahi, bizə güc ver, dövlətimizi quraq, rəis cümhur olaq, vəzir olaq, ustandar olaq, məclis quraq, dövlət quraq, dadgah quraq, qazi olaq, ədliyə olaq, rəis idarə olaq. İlahi, dövlətimizi quraq, millətimizi idarə edək. İlahi, bizi geri qalmaq fikirlərindən qutar, dünya keçib gedibdir, biz onlara yetişmək üçün bizə aydınlıq ver, bizə düşüncə ver, bizə fikir ver, bizim beynimizi alışdır, ayındır, bizim beynimizdə bir inficar yaratdır ki, biz dünyanı bir ayrı cür görək, fərqli düşünək. Bunun üçün fərqli yol tapaq. Amin dostlar. Gecəniz xeyirli qalsın.